Hər halda bir də salam ərz edirəm, programı başlayaq. Dostlar, hoş gəlmişsiniz. Xahiş edirəm ki, dostlar yaysınlar, dostların dəvət eləsinlər. Aşağıda bir ox var, ox başı. Onu vursaq dostlarınızı dəvət edə bilərsiniz və çoxlu dostlarımız görərlər. Can Şamili, çox sevindiricidir ki, cənabınızla danışdıqdan bu yüzə feedbacklərimiz çoxalıbdır. Və feedbacklərimiz yazıdan keçibdir. Yəni, inanın bu günləri iki dostumuzla 45 dəqiqə ta 50 dəqiqə danışmışım. Yəni, feedbacklər çox cəlibdir, çox qəşəng edir. Dünənləri partilərin birisi hələ iştirak eləməyibdir. Yazmışdı ki, Salih bəyin 7-ci bəhsinə qulaq asıbdır. Göndərdim, cənabıza da fikirləm göndərdim. O dostlar partilərə göndərdim. Yazmışdı ki, dərs verməli, çox öyrənməli bir şeydir. Yəni, mənim nəzərimizə çox faydalıdır və bu, inanıram ki, teorik olaraq da çox təsir qoyacaq bizim toplumda. Mən əlbəttə bunu deyim, mən o bir dənə də dostlarımızın sual vermişdilər, mənə göndərdiniz sual. Bəzi suallarda biraz şey olsa yaxşı olar. Məsələn, sual vermişlər oradakı bir şeylər, hələ onu deməyim sualı. Bəzi mühüm suallar var ki, sui təfahüm haləti vardı. Yəni, onu siz desəz, mən onu aydınlaşırsam, o sui təfahüm rəf olar. Hani, qulaq alsam biraz daha dərinləşər mövzuda. Doğru. Yəni, gələcəkdir. Mən bunu ona görə cənabınıza da ərz elədim ki, dostlarımızın 500 sualdır, az deyil. Yəni, sualların bəzisi təkrar olur, ayrı məfhumdan təkrar olur, ayrı kəlmələrlə təkrar olur, açılacaqdır, çox açılacaqdır. Məsələn, mən cənab Salih İldırımın son videosunu göndərib də bu günləri qoyacağım. Dünən yorulmuşdum, eləyə bilmədim onu hazırlayan videoya çevirəm. Məsələn, oradan hər kəs Salih bəylə gəlsə, görəcək ki, Salih bəy çox şeyləri qabaqsan ya az izah eləmişdi, ya naqis izah eləmişdi, ya istədiği olmamışdı. Gəldikdən üçün sual yenə təkrar olubdu, orada daha çox açıqlayıbdı. Evet. Daha çox gözəl. O olacaq. Cənabınızla da elə bu cür getdikcə açılacaq. Əgər icazə buyursanız, mən fəqət bir üçün videonu təzəşdən başlamışıq. Dostlar, biz düşüncə bağı otağı fikri deyək farsça. Düşüncə bağı otağının proqramını deyirik. Burada Güney Azərbaycan və İranda yaşayan Türk millətlərin hətta bəlkə desək, Qəşqailər bir ayrı millət fərz edəsək, Türkmənlər bir ayrı. Bunların siyasi təşkilatlarını dəvət eləmişik, təşrif gətirsinlər. Burada düşüncələrin meydana qoysunlar, fəlsəfələrin, ideolojilərin, siyasətlərin, yolların, yol xəritələrin bizlə paylaşsınlar. Partilərdən üçü buradan növbətlə gəlirlər. Güney Azərbaycan Demokratik, Güney Azərbaycan İstiqlal Partisi əvvəlimci həftə gəldi, Salih bəy İldırım başlığı ilə və 6 günkü canlı yayında oldu. 5-də Milli Ərdəmli Əxlaq unvanını qazandı və birində də ən ərdəmli. Biraz yenidə şaya, Günastiliyə intiqaddan dolayı. Ondan sonra da mənim nəzərimizə keçən bir həftədə də yazılı suallara cavab verdiği üçün yenə milli ərdəmlik davam edir. Yəni bu günləri 11-cisini mən qoysam əgər 11 dana 10 dana milli ərdəmli, bir dana da ən ərdəmli sözün unvanını qazanır. Ondan sonra Güney Azərbaycan Demokrat Türk Birliyi Təşkilatının başkanı gələcəkdilər, gəlmədilər 6 gün. Cavab da buradan verməyiblər. Hər gün 10 nömrə mənfi vermişik, 60 nömrə mənfi. Umarım mən bu günləri yazacağım, istəyəcəyəm ki, onlara məktub ya səsli cavab versinlər. Həm bu suallar silinsin, bu mənfilər, həm də ki, onların da düşüncələri burada qalsın, yazılsın və qalsın. Və üçüncü parti ki, bu həftə danışırıq, bu günləri üçüncü gündür, Azərbaycan Demokrat Partisidir ki, Yunus bəy Şamili bu partinin Mərkəzi Şurasının danışmanı türkçə deyirlər, müşaviridir. Və 2 cələsə ki olubdur dünən və İsrail gün milli ərdəmli unvanını qazanıblar. Çox xoş gəlmişsiniz, təşəkkür edirəm, var olun. Gözəl bəhslər yola salmışsınız. Bu haqda sizə təşəkkür edirəm. Və cəlibdir ki, bəzi dostlarımız siyasi partilərdən yazmışdılar və demişdilər səsli adların üçün deməyəcəm. Ona görə gətirirəm dilə ki, biz Federal Partisi
siz Türk federalçısınız, ona görə deyirəm. Federalçılarla çox iştirakımız var. Nöqtə iştirakımız xüsusən cənabızla. Ad çəkmişdilər ki, cənabızla Yunus Şamil cənabları ilə çox iştirakımız yuxarıdır. Ne güzel. Və az yerlərdə ixtilaf var. Bu Güzel özünü- haberdi. Bu da çox gözəl. Güzel haberdi. Bence sizin bu danışıklarınız bizim o istiqlalçı dostlarımızdan daha yakınlaşmaya sebep olsun. Umarım ki bir-birimizi qulaq asaq. Ən mühümü budur ki, eləyə bilək, hövsələ ilə oturaq, qulaq asaq, görək ki, Yunus Şamili nə deyir? Görək ki, Salih İldırım nə deyir? Görək ki, Əjdər bəy Təqizadə cənabları nə deyir? Bir-birimizi əvvəl qulaq asaq. Elə ki, qulaq asdıq, görək ki, ona cavab verməliyik, yoxsa düşünməliyik. Sonra əgər cavab vermək istəsək, gələk burada fürsətimiz var, cavab verməyə, eşqdə də cavab verməyə fürsətimiz var. Hər halda çox təşəkkür edirəm. Dünən bir sualla qutardıq. Əgər yadınızda, xatirinizdədirsə. Ben sualı verdi, cevap yok. Cevap vermedik. Değil mi? Tamam. Əgər istərsiniz o sualdan başlayaq. Əlbəttə. Əgər Elbette. İran dağılırsa, yəni Cümhuriyyət İslamı dağılırsa, o məqtədə 57 inqilabının təcrübəsinə dayanaraq, o məqtədə nə ordu olacaqdı, nə ittilaat olacaqdı, nə Qardi Cavidan sipahpazları olacaqdı, heç birisi olmayacaqdı. Dövlət mərkəzi də yoxdur, qudrət mərkəzi də yoxdur. O birisi tərəfdən də millətlər ki, İranda yaşırlar, deyək ki, türklər, türkəmənlər, qəşqailər, ərəblər, bəluçlar, bunlar, şumallılar hətta, bunlar da hər kəsən bir istiqlal üçün çox bunlarda görsənəni deyirəm. Göz qabağında olan budur ki, məsələn, istiqlalçıları çox parti var. Adamına baxmırıq ki, neçə dənə adamları var. Orasını heç kəs bilmir ki, içəridə bunların nə qədər tərəfdarı var. Amma indi bu şəraitdə nədən biz İranı qoruyaq, nədən mərkəzi qoruyaq, nədən öz dövlətimizi qurmayaq? Soru budur. Güzel sualdı. Çünkü bu suala düzün sözü, bu sual yani da böyle bu son günlerde benim zihnime gelip bunun hakkında sorularıyla bir məbsud danışacağım ki, acaba belə bir şey mümkün mü? Mesela böhran siyasi de onun adı. O rejimin köçməsi, köhnə rejimin köçməsi ve taza rejimin şəkillənməsinin arasında bəzən fasilə düşər. Mesela bir ay, 2 ay, 6 ay. Elbette bu fasile bazı tekniklerle doldurarlar onu. Ama bu fasile diğer ki mesela 1 ay olsun, 2 ay olsun, 5 ay. Elbette o kadar olmaz. Çünkü sistem udursudu var. İran'da bir devlet var. Bunun farklı bakanlıkları, vizaretxanaları var. Onlar çalışmakta olmalı lazımdır. Yani vizaretxanaların hamısı itib batmamaq lazımdır. Məsələn, yəni xədəmat da servis verən vizaretxanalar işləməlidir. Məsələn, şəhərdarı işləməlidir ya yox. Yəni şəhər zibilxanaya çevirməlidir. Yəni hər kəs işini görmək lazımdır. Yalnız əmniyyəti güclər burada söz var. Polis, əmniyyət, ordu ki məmulən yəni padqanların içinə çəkilib orada qalarlar filan. Ama başkaları yani polis, emniyet gücləri qaçarlar özlerine sıçan yuvası tapsınlar, gizlənsinlər filan. Onlar bu balaca bir müddətdə o polis emniyet yerinin xalqı meydana gəlməklə o emniyet ve güvenliği təmin edər. Biz bunu təcrübə eləmişik. Biz oturmuşuq burada danışırıq. Biz bu təcrübəyə başdan geçirmişik. Biz yani hədsi, güman, o xəyalından danışmırıq. Yani o hadisə olur. Mesela böhran siyasi gedir, yani polis qaçır, yani köçür. Onda cavanlar da hər məhəllənin cavanı gəlir küçənin başına bir-birinin yanında dururlar, küçənin əmniyyətini qorurlar. O birisi küçənin gəncləri, o birisi küçənin yavaş-yavaş o məhəlləninkilər, məhəllədən keçirlər. O məhəllənin adam tabi yığırlar bir yer, bir nəvə məsulumuz olsun, bir təşkilat verir özlərinə. Sonra o birisi məhəllə ilə əlaqə qururlar, o birisi məhəllə ilə hamısı yığışır bələdiyyə satmada deyir, biz bu şəhərin əmniyyətini təmin etməyə çalışmalıyıq. Organize yani. Bir xəbər oldu, xəbər ver filan. Yəni toplum organizası getməz, yəni hər şey dəyər bir-birine. Ona görə o aşamada deyirsiniz ki, sual verirsiniz ki, indiki ordu ilə əmniyyət daha rejimini, hakim rejimini, ordu ilə əmniyyəti köçüb,
da o çalışmır. Orada niyə, məsələn, İrana düşünən ki, İran qalacaq, gedək istiqlal götürək daha da, nə olacaq? Yaxşı, mənim sizdən sualım ya sizdən deyil, da hər kim ki, bunu düşünür. Sualım bu olar ki, tamam, siz istiqlal elam, yaxşı, istiqlal elam eləyək Azərbaycanda. Nə qədər sürəcək istiqlal eləyən anda ki, devlət qurulmayacaq ki, bu da elə, necə ki, əmniyyət, Azərbaycanda nə əmniyyət var, nə polis var, nə Nirmi əmniyyət var, nə ordu var, nə filan var. Bu da elə bu gənclərin Türkiyəyə gəlməsi ilə düzələcək də. O məhəllədən, o məhəllə ilə qovuşacaq, o məhəllə ilə yavaş-yavaş şəhərdə bir əmniyyət, güvənlik qorunacaq. Şimdi, məsələ Pişəvərçiliyin zamanında fədai dəstələr, buna fədai dəstələr deyilir. Biz deyək ki, bizə də bir fədai dəstələr düzələcək ki, yəni Allahdan elə olsun yəni. 57-də də komitələr də, 57-də də komitələr gəlir. Bəli, 57-də komitələr düzəltdi, dəqiqən ucuzdur. Hani ümid edilir çünkü komiteler bizim olmadı. Diğer addan fedailer var ki bizimki olsun da. Yani fedai adından istifade etsek ya. Komite adı oldu. Malladançı oldu. Yani diğer fedai desteler düzelince ve bu devlet yani istiyor ki bir Azerbaycan'a meclis düzenler. Yani devlet istiklal ilan etmişik. Meclis istiyor düzenler. Çünkü seçime de. Seçim bir gün 2 gün olmayacak. Bir daha problem var Azerbaycan'da burada. Onu çözmemiz lazım evvel. O da budur ki Azerbaycan'da bir sıra partiya, siyasi partiyalar var. Ama halk olarak tanınmır, bilmiyorlar kimdiler. Aktivistler, faallar tanıyırlar ama halk tanımır onları. Sonra onların fırsat tabi mesela medya filan ki mesela halk olanı tanış olsun. Bir süre zaman verirler. Elə İran rejimi dəyişəndə de budur oldu. Bir 6 ay fırsat verirler ki siz bilir özlərini təbliğ eləsin, cəmaata tanıtdırsın filan eləsin ki sabahlar gedib sandık başında səs verəndə hani birine səs vermək lazımdır da, yəni rəy verəcəkdir. Yəni çünki görüm kimdir bu filan. O bir yana böyük problemdir. Bu 5-6 ay ilə həll olan bir məsələdə hələ deyir həll olan da o həll olsun. Siyasi fəaliyyətdə devamlılıq və tarix şərtidir. Yəni sənin nə qədər tarixin varsa, yəni bir partiyanın, siyasi partiyanın nə qədər devamlı fəaliyyətdəsən, yəni yalnız indi firqəndə tarixi var, amma devamlılığı yoxdur firqənin. Ona görə toplumda etibarı yoxdur, toplumda kimsə onu tanımır. Yəni elə bir hizbidir ki, dövlət qurmuşdur, amma elə bir aşamaya gəlib üçün devamlılığı olmayıb deyil, ona görə onun günləri toplumu o tanımır. Yaxşı, devamlılıq və tarix baxımından bizim partiyalarımızın tarixi yoxdur. Bak, bizim ölkəmizdə, yəni Azərbaycanda bir dana partiyanın tarihi var, o da Firqəyə Demokrat Azərbaycandır, o da köçmüş bir durumdadır. Yəni yoxdur. O birisi partiyalar hamısı yeni düzəlmiş partiyalar, özdə hamısı xaricdə düzəlmiş partiyalar, təbiətən əlaqələr çox zəif. Yəni xalq və kütlə arasında hiçbir irtibatları yoxdur, yəni kimsə onları tanımır. Baxın, bir daha da bir şey deyim, təsəvvür bu cəhətdən ki, bunlar ki deyilən, bunlar siyasi təcrübələrdir. Mesela təsəvvür budur ki, bu faaliyini siyasi ki görürük, xalqı bunlardılar, bunlar xalqıdırlar, bunlar xalqı deyirlər. Tamam araşdırmalar göstərir ki, siyasi aktivistlər toplumun 1, nəhayət 3% təşkil edirlər. Biz deyəsən toplumun 5%-ni təşkil etsinlər. 95% bu fəaliyyətlərdən lazımi qədər xəbərlər yoxdur, hizblərə tanınır filan. Tazə bu hizblərin indi çoxunun 15 il, 20 il sabiqələri var. Çoxlu aktivist də var da meydanda duranlar, fərdilər var, bireysəllər. Bizim aktivistlərimiz var, bu hizblərin heç birinin üzvü olmayıblar. Bu bizim aktivistimiz ki bilir, özdə bilir, hər kimdən danışa bilir ki, təşkilatla fəaliyyət etməyimiz lazımdır, təşkilata daxil olmamız lazımdır və onu gücləndirməyimiz, siyasi təcrübə. Amma o aktivist ki məsələdən dəqiqdə tanışdı, o girmir hizbə. Sən nə cür xalqı, normal xalqı ki, qapısını edilsin, gəl mənim hizbimin üzvü ol. Ona yani bir proses getirmen lazımdır ki o elə bir şura hala gəlsin ki desin hemen gedim hizbi. Yani sualın cevabıdır. Bakın diğer ki biz elamı istiqlal elədik. Bir 6 ay, 1 il çəkəcək ki o məclisə gidə seçimə yaptı. O məclis seçimə gidən ərəfədə İran toplumu deyək. İran toplumu deyir, oturacaq əllə pişim oynayacaq özü. Yine olacaq məclis quruşuna. Onlar tamaşa edəcək, biz gedəcəyik məclis quruşuna. Yox, onlar da bu fəaliyyətini devam edəcəklər. İranda da həman fəaliyyət gedəcək. Yəni bu rejim yoxdur, qaçdıq məsələn yangından bir dəsmal oğurlama kimi da bitdi getdi. O cür deyil.
Siyaset bir prosesdir. Ve hakimiyetin kuruluşu bir halkın zihniyetine bağlı olan bir faktördir. Bu cür olmaz. Ama eğer o zihniyet varsa sabahları çok şiddetle var olar. Var olar. Necə? Xümeyni kim tanırdı? Xümeyni bilir, ondan qabaq biləcəz. Ama İngilab falan geldi, yani bu yani çöçme geldi, onun şeyin geldi meydanı. Bütün dini camiye, İran dini camiye falan, onun getdi daha sonra işim yok. Bir muhalefette vardı Şahla, bir irticai muhalefette vardı hatta. Şahla muhalefeti bir için niye kadınların hicabını açılıp filan vermek. Yani cemaat değil, o zihniyet. Bir balaca zamanda bir tane yani, tarihin en katil diktatörlüğünü düzeltti. Dövlət yoxdur içində. Xümeynicənin dövlət yoxdur, deysə yoxdur. Köçdü, o qurulunca bir 5-6 ay çəkdilər və gördük ki, elə bir hakimiyyət düzəldi ki, tamam hər yeri zəncirə çəkdi. Ona görə bu söz düz deyil ki, yəni təcrübəyə dayanan bir söz deyil ki, bu gün köçüb da, heç zat yoxdur, gedəkcə istiqlalı vuraq. Bu söz siyasətdə düz deyil. Orada İrana hakimiyyət qurulma ərəfəsi gedəcəkdir və İrana bir hakimiyyət qurulacaqdır. İndi biz burada deyək, senaryonu bu cürdə baxmaq olar. Yəni mən də bir senaryo qoyum. Bundan belə sizdən bəhs eləmişəm. Yaxşıdır, istərəm ki, siz senaryo qoyun ortaya. Şimdi mənim sözlərim daha dəqiqləşir orada. Əhsən. Bu senaryoda var ki, ərəblər həm müsəlləhanə savaşa giriblər, həm də istiqlalçıdırlar. İçində federalçı demirəm, yoxdur, amma deyil də, demək olar beləsi. O birisi millətlərdən bəluçlar da bu cürdür, türkəmənlər də bu cürdür, biz türklər də bu cürük, bu vəziyyət. Hətta Qəşqaistanın içində bu gün gedən hərəkatı mən üçün təqribən gündə izləyirəm, gündə. Məsələn, orada çox əcibə şey tapır, sürət ilə gedir millət. Çox əcib inkişaf edir. Əslən, hətta Azərbaycanda elə bir şey sabiqəsi yoxdur. İndi, bu millətlər ki, indi feylən siyasiləri, yəni lider deməyək, deyək ki, roşənfikir, Farsda roşənfikirlər, ziyalıları, öndə gedənləri, bunların hamısı təqribən istiqlalçıdır. Hamısı deyirlər ki, İran biraz zıqqılı olsa elam istiqlal edəcəklər. Elam istiqlalı nə cür edəcəklər? Siz buyuran doğrudur ha, heç birisinin içəridə mümkün də nirusu olmuyor, əl-an. Mümkün də tərəfdarı olar. Nə cür olacaq? Məsələn, deyir ki, Güney Azərbaycanın misal vururam. Traktorun müsabiqəsində şuar verir hamısı. Onlar potansiyel deyir, mənim nirumdur. Yəni partilər bu yönləri deyirlər ki, o potansiyel olaraq mənim nirumdur. Orada 100 min nəfər hər həftə gedir orada çalışır, deyir. O birisi tərəfdən deyir ki, məsələn, içəridə parti istədilər, icazə vermədilər. Ona görə içəridə parti yoxdur. Hər halda deyir ki, radionu mən ələ geçirsəm, elə əvvəl gün bax. Desəm ki, ağa, biz bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti ya Güney Azərbaycan Cumhuriyyəti. Elə bunu desəm, millət çıxın xiyabana, komitələri getirdin əlinizə, silahları getirdin əlinizə, millət çıxacaqdır, padişahlardan silahları 57 kimi alacaq əlinə, gələcəkdir, şəhri getirdəcək əlinə, dövlətin istiqlalı elan elədin, indi qaldı sənə xarici, siz buyurun. Xarici dövlətlər tanıyarlar, tanımazlar məsələsi. Bu da inqilablardakı dönəmləri cənabımızdan bəhs elədik, soruşdunuz ki, hangi nümunələr var ki, inqilabdan sonra dövlətlər rəsmiyyətə tanınıbdır. Mən də dedim, yadımda deyil. Mən bir baxdım, Kuba, Çin, Fransa, Rusiya və o birisi məmləkətlərin hamısındakı inqilab olubdur, qabaqçı dövlət aradan gedibdir. Sonuncu dövləti tanımaq məcburiyyətində qalıb. Kuba nə? Kuba, Çin sonra? Tamam keşverlər ki, Rusiya, hamısındakı inqilab olubdur. İnqilabdan sonraki dövləti məcbur qalıblar rəsmiyyəti tanıyırlar. Bir də ki, bilirik da, məsələn, bir dənə dövlət şikəst deyəndə, ya sınanda, onun da içindən dövlətlər çıxır. Yugoslavini gördük, Rusiyanı gördük, Osmanlını görmüşük. Buyurun, mən buna bir daha izah verim. Bir də icazə verim, biraz yanlışa getdiniz. Siz bizə yanlışa getdiniz. Baxın, İran dövləti köçəndə, taza bir dövlət, İran dövləti qurulması dünya ölkələri hazırdılar ki, İrandan bir dövlət mərufçuluq olsun və dünya dövlətləri onun rəsmiyyəti tanısın. Niyə? Çünki bu dövlət hüquqi cəhətdən Birləşmiş Millətlər bir dövlətdir. Kuba, biz dünən danışığımız buydu ki, sualım sənə buydu.
acaba sən bir məmləkət tanıyırsan ki, o məmləkət, yəni dövlət köçəndən sonra o məmləkətin içindən bir bölüm istiqlala gedib hukuki dəstəyi olmadan, yəni o məmləkətin qanununda, 2-ci Dünya Savaşından sonra o məmləkətin qanununda ayrılmağa dəstək yoxdur və o ayrıla bilib. Bunu soruşdum sizdən. Nəinki Kuba dövləti yıxılıb bir dövlət qurulacaq da, Rusiya dövləti yıxılıb bir dövlət qurulacaq da, Rusiya da dünyanın emperyalist dövlətin birləşmişləri bir dövlətdir. İndi İranın içindən bir bölüm ayrılması söz konusudur. Acaba İranda hukuki dəstək olmadan İranın qanununda, beynəlmiləli qanunda dəstək yoxdur. Baxın, burasına dikkat edin. Burasına, bize hemen dikkat edin. Bakın, beynəlmiləli qanunda ayrılmağa dəstək yoxdur. Niye? Toprak bütövlüğü ilkesi Birleşmiş Milletler'in kanunlarının esaslarının biridir. Hakkı tamamiyeti erzi. Aslı tamamiyeti erzidir farsızdır. Yazı. Bunu devletler. Devletler. Can Şamili. Buna beləsi cevap verim ki, 2-ci Dünya Savaşında hududən 55 məmləkət var. Hududən. 53, 54. Hudusi məmləkət var. 2-ci Dünya Savaşında. Ondan bu üzə 150 məmləkət izafələşib. Bu günləri sazımanimlərdə səbt olan 201 məmləkət, 202 məmləkət var. Amma coğrafiyayı siyasidə 300'e yaxın dövlət var. 300'e yaxın dövlət var. Siz mən oraya yetişirəm da. Qoy bir gedək. Bəhs kamilləşməyəndə cavab alınmır. Ona da cavab, ona tozih verəcəm. Düz sözdür o ki, məmləkətlərin sayı çoxalıbdır. Amma dikkat edin, mən dedim ki, bax bu gün beynəlmiləli qanun, yəni uluslararası hukukdan bir ölkədən bir bölümünün ayrılmasına dəstək yoxdur. Mən deyirəm bunu. Dəstək hukuki də niyə yoxdur? Onun adı toprak bütövlüğü ilkəsidir ki, ya farsızda əsli tamamiyyətə ərzidir ki, dövlətlər onun altını imzalayıblar ki, başqa dövlətlərin hududlarına, yəni başqa dövlətlərin hududlarına xelal geçməsin, dəyməsin bir-bir. Niyə? O dərvaqa bunu imzalamakla, hər bir dövlət onu imzalamakla öz dövlətin qorumağa çalışır. Dikkat edin nə deyirəm? Mesela Türkiye onun altını imzalayın. Niyə? Deyir ki, o birisi dövlətdə gəlib Türkiyədən bir şey ayırmasınlar. O Türkiye'nin qonşusu imzalır nəyə? Türkiye gəlib onun ölkəsində bir şey qopartmasın. Dövlətlər bir ölkədən bir bölümün ayrılmasının hukuki dəstək yoxdur. İndi qaldı içəridə. Yəni, mesela Celacet yazır ki, bir də iç hukuk var da, mesela İran içində hukuk. Yugoslavı da biriydi da, Yugoslavdan neçə ölkə düzəldi. İç hukukda Yugoslavda dəstək vardı, federalizm vardı, sınırlar belliydi, hər bölgənin hukuki məclisi vardı, hər bölgənin özünün noxos vəziri, yəni bakanı vardı. Sovyet Birliği'yle 15 ölkə ayrıldı. O 15 ölkə kimin girmişdi? Dağılanda 15 ölkə kimi ayrıldı. Niyə? Anayasada dəstək vardı ayrılma. Ölkə kimin girmişdi? Cumhuriyet ve İttihadı Cumhuriha Şura. Yani cumhurların bir araya gelmesiyle kurulmuştu. Yani hukuki dəstək var ayrılmasına. Dedim, elə orada bu bəhs salmışdım. Ama bu bəhslərin birine bunu salmışdım. Niye Azerbaycan, Ermənistan, Gürcistan asla savaşmadan istiqlal aldılar? Ama Çeçen canla kanla savaştı ve istiqlal alınmadı. Niye? Çünkü Çeçenlere Rusya kanunu esasında Çeçenlerin ayrılması, bir bölümün ayrılmasına hukuki dəstək yoxdur. Yəni Çeçenlere ne xaricdən dəstək gələ bilərdi? Çünkü xaricdə dedi ayrılma, beynəlmiləli qanunda ayrılmağa hak yoxdur. İçeriden de ki kanun, iç kanunda da dəstək yoxdur, ayrılamadı. Ama Ermənistan kimi bir yeri... Can Şamili, Əl-an Rusiyədə elə o zaman 15 tane da heç olmasa Cumhuri Əl-an var içində ki, Cumhuridirlər, kanuni dəstək var, ama Rusiya qoymadı istiqlal olan. Elə onlardan 78'i Türkiye. Ona dikkat edin, o özü değil. Anayasada, o özü değil, adları Cumhuri olabilir. Bakın Katalanlarla Frankları Quebec'te mukayese edin. Quebec'te Katalanların hem yerleri çok diyeceğiz,
həm gücləri, iqtisadi gücləri çox yüksəkdir, həm də sayı baxımından şeydən çoxdular, Quebecdən çoxdular. Amma Quebecdə eləyə bildi referendum istiqlala getsin. Niyə? Kanadanın anayasası izni verirdi ki, istiqlal reformu anayasasında qeyd olub, huquqi dəstək vardı, getdilər referendum. Hala nəticəsinin işimiz yoxdur. Amma Katalanlar İspaniyada demokrat bir dövlətdir. Çün anayasasında ayrılmağa dəstək yoxdur. İstiqlalçı da parti vardı. İstiqlalçı parti yönetirdi Katalanı zaten. Ama istiqlal referandumunun içinde polis şiddeti belə şey olmaz. Yani bunu biz neden danışıyoruz şimdi? İç hukuk dəstəyi var mı, yok mu? Mən indi burada bir iki dənə də beynəlmiləl əslə işarə eləyim, bəhsi cənabınız qutarır. Buyurun. Çünki bu bəhs qalacaq, sonra bunu bəhs eləyəcək. Bunun bəhsi çox uzun gələcək. Tamam. Bu da budur. Biri budur ki, inqilabdan sonra inqilabı heç dövlət rəsmiyyətə tanımır, amma nəticəsi rəsmiyyətə tanınırlar. Nəticəsi hər nə olursa. Çünki onda qanun yoxdur. Onda o dövlət aradan gedir. Yəni əslən dövlət yoxdur da, sistem aradan gedir. Yeni bir dövlət bir ayrı çərçivə ilə qurulur. Amma beynəlmiləl qanunlar deyir ki, bu nə məsuliyyəti var öncəkinin, bu ala bilir öhdəsinə. İndi burada bir dövlət çıxsın, 10 dövlət çıxsın. O inqilabçılara bağlıdır. Xarici dövlətlərə bağlı deyil. Rəsmiyyətə tanıyacaqlar. Bu bir. İkincisi, haqqı təyini sərnevişdir. Haqqı təyini sərnevişdir. Yenə də millətlər təyin edirlər. Bu da qanuni əsasıya, içəridə ana yasaya rəddi yoxdur. Bu da millətləri iradəsi ilə o ya inqilab, ya savaş zamanında eləyə bilirlər ki, bu işi görür. Əzizim, mənə qulaq as. Haqqı təyini sərnevişd vardı, qanundur, beynəlmiləl qanunda var. Və əgər bugün İran ya hər ölkədə bir ölkə köçürsə, yəni bir xalq gəlib bir rejimi aşırırsa, o uluslararası hüquqda, beynəlmiləli hüquqda vardır, köçür rejimi və o xalq ki, beynəlmiləli hüquqda rəsmi tutanılıb, adı dövlətin adı İrandır, məsələn, ölkənin adı İrandır, ya hər nədə ölkə, harada köçür görsün, məsələ də, Kubadır, Rusdur, hər kimdir. Orada gözləyirlər ki, o xalqi ki, öz müqəddəratını təyin etmək üçün o rejim çəkib aşağıya, o rejim qursun. Orada gözləyirlər. Sazmanilər gözləyir. Nəinki onu gözləyək. O hüquq əsasında, həman o öz müqəddəratını təyin etmək hüquq əsasında uluslararası orqanlar gözləyirlər ki, o məmləkətdə o xalqı gəlsin, iradəsi meydana qoyub hakimiyyət yaransın. Yəni İranda bugün rejim köçəndə hüquqi köçmədir, dövlət qurulsa da hüquqi dövlət qurmadır. O hüquqda var, beynəlmiləli hüquqda var. İç hüquqda istər-istəməz olacaqdır. Yəni öz müqəddəratını təyin etmək nə deməkdir? İndi orada bir də burada biraz baxmamız lazımdır. Bilmirəm, sənin suallarında varsa, qabaqsa, sonra başlayın. Bu çox önəmli məsələ. Öz müqəddəratımızı təyin etmək haqqı harda necə? Bunu biz də əgər diqqətcə biz bilməsək, çaşa bilərək. Yəni, bu belə bir şey deyil ki, mən öz iradəmlə bunu məsələn təfsir edeyim ki, ölüm söyləyən kimin götürüm yapalım. Hüquqda bir praksis adı var. Yəni, bir hüquq var, bir də onun praksisi, əməl olur, təcrübə tarixisi. O təcrübə tarixi, o hüququn gerçəkləşməsi həyati rolu var. Məsələn, bir daha dadqaç əlində. Məsələn, bir müəyyən sahədə bir hökm verəcək. Əgər qabaqca o sahədə bir hökm verilibsə, o hökmü etibarlıdır. Lazım deyil bu dadqaç taza bir hökm versin. Gedib o hökmü gətirəcək, dəqiqən onu qoyacaq, yəni deyək, bu hökm sizin hökmünüzdür. Ona görə bu praksis məsələsi hüquqda çox əhəmiyyətli məsələdir. O xalqı təyin sərnövişdə haqqı təyin sərnövişdə daxili var, bir də haqqı təyin xarici var. Yəni, məsələn, İranda bir daha xalqlar gedib rəy verəcəklər, dövlət seçdilər, İran yəni vətəndaşları. O dövlətə zəmini, hüquqi zəmin var da, gözlür. Bir dənə dövlət adında orada şey vardı, İran orada yeri vardı. Onu gözləyirlər. Amma onun içində xalqların haqqı təyin sərnövişdə eləməsi siyasi gücə bağlıdır. Bax, siyasi güc və praksisə bağlıdır. Amma o gücün İrandan ayrılması, yəni İrandan müstəqil dövlət qurması, o başqa sözdür. O başqa yoldur. Yəni ayrılmasına, əgər iç hüquqda dəstək yoxdur, məsələn, Quebec kimindəyik, Ərəb kimindəyik və ya eşik hüquqda ki, əslən dəstək yoxdur, bu stratejiyə əl qoyma
çox zərər vericidir. Çox zərər vericidir. Hətta indi deyəcəm, bir daha zərər verici deyim, ondan sonra gedək. Bu istiqlal şüarından qorxum budur ki, qorxu çox böyük qorxudur. Siyasi gücləri, yəni əlbəttə siz deyirsiniz hamısı istiqlal istəyirlər. Onlar 1-dən 3% cəmiyyəti görürsünüz. Siz o adamlar ki danışdılar. Məsələn, Qəşqaylar hamısı istiqlal istəyir. Qəşqaylar nə istiqlal istəyir? Harada? Yəni elə məsələn Qarabağda istiqlal istəyirlər. Qarabağ Azərbaycanın ortasında bir bölgə var, o istiqlal istəyir. Yəni bu yəni xiyalata qapsanmaq kimi bir şeydir. Yəni zərər verməkdir. Amma diqqət edin. İniyə otur görürük, otur görmüyoruz. Ya Avrupa bir dana cəzirədir, dövlət bir dana qarrədir. Qarrə deyil əlbəttə, amma bir dana qarrə vərz eləyir. Bir dana qarrədir. Burada 30 dana, 40 dana məmləkət var əgər səhv eləmirsəm. Ya 24 dana, hər neçədir, o mühüm deyil. Neçə danadır. Bir məmləkətin bir yerdə sən tapsan, bir məmləkətin ortasında bir ayrı məmləkətdə olsun. Elə Avropanın özü tamam bu şəkildədir da. Yox da, o cavab deyil mənim sözümə. Yox da, Avrupa'da ölkələr var. Ölkədirlər də. Bunlar da ölkə olanda, məsələn, Azərbaycan özü bir ölkə olacaqdı. Məsələn, deyək, Gilan öldü, bir ölkə olacaqdı. Kürdistan məsələn, bir ölkə olacaqdı. Əl-Əhvaz bir dana, Yox, Qəşqaylıqdan soruşuram. Qəşqaylıqların istiqlalı nə demək? Qəşqaylıqlar orada məsələn, müstəqil olsalar, məsələn deyirəm. Məsələn, indi dəqiq Avropanın nəqşəsini açsam, deyərəm hansı məmləkətə bənzir. Ya məsələn, deyərəm ki, məsələn Rusiya ilə şeyin arasında harda orada bir dənə məmləkət var. Çekoslovakiya, məsələn Çekoslovakiya mən ora getmişəm deyim. Oranın heç şeydir. Məsələn ora torpaqların arasında bir dənə torpaqdır, durubdur. Yəni özünə bir məmləkətdir. Yekəliği, çiçəkliği də önəm daşımır. Yəni indi siz xəbərini qalırsınız yekətiçidir. Söz konusu deyil mən. Mən demədim yekətiçidir. Dedim bir bölgənin məsələn indi bir dənə Qəşqayı bir Fars bölgəsində bir kiçik bölgədə, Fars bölgəsinin ortasında Qəşqayı. Fars məntəqəsindədir da, Fars. İyaləti Farsdadır. İndi feylən Ustanı Farsdadır. İndi danışır da, gələcəyə danışmır. İndi danışır. Yox, keçəcəkdən mən danışıram. Baxın, siz baxın, bir daha söz deyim. Siz əgər, yəni, əvvəla siz bir daha jurnalist kimi, siz bir dünya hüququna dayanaraq, yəni bir jurnalist kimi, dünyada bir hüquq və praksis var. Burada 200 dənə dövlət əməl edir. Yəni sən burada bir şey dəyişmək üçün bu hüquq riayət etmirsən, dünya dəyər bir-birinə. Dünya hətta deyərəm dəyər bir-birinə. Sən məcbursan danışanda öz tənzimatı 200 dənə dövlət, 200 dənə ordu, 200 dənə əmniyyəti təşkilatı. Bunların hamısı çalışırlar ki, hər zat öz yerində qorunsun. Yəni hətta oradan bir dənə milçək tutsan bilməsin. Olsa əgər elərlər. Mənzur, indi oturmuşsunuz sizin baxın, deyirsiniz ki, yəni tamamen çalışılır ki, mesela öz xiyalınızda deyirsiniz ki, mesela Qəşqayı Fars bölgəsinin ortasında bir şeydir, ona istiqlalını tocih eləməkdən ötürü Avropada misal gətirəsən, amma elə bir misal yoxdur. Elə bir misal yoxdur. Yəni ki, bir ölkənin, bir bölgənin ortasında bir balaca yer var, oraya istiqlal alsın. Ona mühasirəyə bir xalq. Məsələn, deyirsən Qarabağ. Qarabağ Azərbaycandadır. Tamam 4 dövrəsi şeydir, bağlıdır, türklərdirlər, bir bölgədir, bir ölkədir. Orada istiqlal alsın. Niyə 30 il gözlədilər? Oraya istiqlal... Əvvəl indi Qəşqayı misalının üstündə çox getməyək. Amma məsələn, hətta Qəşqayının bir tərəfi lorlardır, bir tərəfi ərəblərdir. Bir tərəfi farslardır. Yəni bu cür deyil ki, farsların içində mühasirədirlər. Onun üçün də görürsünüz ki, bunlarla da şeyə gedir. Yox, bunu istəyirəm fəqət deyim, bax. Bir daha deyim, bunu istəyirəm deyim ki, təhlükə budur ki, istiqlal cirayəşi fikrisi zehniyyəti qoruyacaq mərkəzi təşviq edəcək. Zehniyyəti qoruyacaq. Yəni, bir cavanlar filanlar ki, getməyək, İran istəmir, istiqlal istəyir, mərkəz qruplar, mərkəzə təmayül qruplar çox rahatlıqca Tehranda öz istədikləri, arzu elədikləri dövləti İranda quracaqlar. Ordunu verəcəklər, qurduğu dövlətlərin, ordunu verəcəklər, qurulan dövlətin orada şey olacaqlar. Bir dəqiqə. Ordu keçəcək kimin əlinə? Ordu nabud olmuş ki, padqanlarda durublar. Keçəcək onun əlinə, o arzu elədiyi dövlətin, ola bir orduyu yürüdəcəklər Azərbaycan ki, özləri təcrid tələbləri sərkub eləsinlər. Yəni Azərbaycanı qanundan içine bölüyor. Amma halbuki Azərbaycan mən deyən zehniyyətlə, biz deyən zehniyyətlə varid olsa,
Tehranda olan qudrət manovru onların əlindən ala bilər. Can bəy, Onların əlindən gücü ala bilər. Sən onların əlindən qanunla İranın anayasasını gücün əllərindən ala bilməsən, sən heç bir yere vara bilməsən. Bunu istəmirəm. Cənab Şamil, biz bir neçə təcrübə getirmişik. Bilmirəm, mənim sinim yetişmir, sizin sininiz də yetişmir. İnanmıram yetişə 24 hərəkatına, milli hökumətə. Bəli, orada bizim təcrübəmiz budur ki, padişahlar getmir mərkəzin ixtiyarına. Hər torpaqda padişah o millətin ixtiyarında qalır. O millətin malıdır, mülküdür. O millət o silahları da əlinə keçirdir. Məsələn, milli hökumətdə getdi padişahına, padişahda dedilər, müzakirə elədilər fərmandehlə ki, şeydir də, hər kəs fərmandehi başı dikişdi, orada da vəziri cəng oldu, nə oldu? Onunla müzakirə elədi ki, sən qal yerində, padişahla bizim silahlar bizim ixtiyarımızda olacaqdır, sən də bizim ixtiyarımızda olacaqsan, qutuldu getdi. Yəni bu cürsə həll elədi. Burada dayanın. Burada dayanın. Elə bu təcrübə gözəl bir təcrübədir. Mən orasını heç düşünməmişdim. Yaxşı mənim yadımı saldınız. Özünüzə biraz təliyə saldınız. Fədai orduların, əvvəla o padişahların içində heç bir silah qalmamışdı. Bir, fədailərin silahlarının, fədai silahların heç biri İran dövlətinin silahları deyildi. Hamısı Rusiyadan gəlmiş silahlardır. Bax, filmlər qalır hamısı. Bir-bir də verirlər. Tamam fədainin ordusunun o erkeği, silah-milah məsələsinin hamısı Sovyetdən gələn silahlardılar. İran silahlarının heç bir istifadəsi olmayıbdı fədai səhvlərində. Bunu bilməz lazımdır. Onlar da o qədər dəyərləşilir. Hə, qoyun qalsın filan. Bir də ordu başqanı, yəni İrançılar da, o padişahlar necə o fəqət farslara, Türklər özləri də, yəni o İrançı mərkəzli Türklər də hamısı çıxıb fərmandehlər, bu ordudan hamısı qaçmışdı Tehrana. Tamam. Siz diqqət edin, bir dəqiqə buna da qulaq asın. O ordu içi gəlir Azərbaycanı bastırır mərkəzdən. Bilirsiniz fərmandehi kimdir? Baqırxanın damadıdır. Baqırxanın damadıdır. Və Baqırxanın qızı deyir ki, Azərbaycanı azad eləməyincə bir istilah olan öz dilində geri dönməyəcəksən. Azərbaycan bu durumdadır. Bu durumdadır Azərbaycan. Hətta qulaq asın, Azərbaycan 70 il bundan qabaq, 70 il ha, 70 il. 70 il bundan qabaq bu durumda olsa, 70 ildir bunlar asimilasyonu da artır o 70 ilin üstündən göründə Azərbaycan nə durumdadır və biz hangi incəliklərə diqqətlə mübarizəni qabağa aparmasaq, böyük bir qaybıdan, böyük bir itirmə ilə qarşı-qarşıya dura bilərik. İndi bir dənə də sual soruşacağım. Lütfən özünüzə almayın, amma mən sizin rahat olun, bir dənə belə nəticə alıram. Siz çox istiqlalla müxalifsiz, istiqlalçılarla müxalifsiz ta İranla, belədir. Qəşəng sualdır. Yəni təkidiniz, mən qulaq asıram dairən sizin o qısa fərmayişlərinizə də, videolarınıza, səslərinizə də qulaq asıram. Daimən mənə belə gəlir. Mənə şəxsi olaraq, İnsafəli Hidayət. Mənə belə gəlir ki, siz İrandan çox istiqlalçılar və istiqlalla müxalifsiniz. Nədən? Bu yanlış, çox böyük bir yanlış anlayışdır. Çox böyük yanlış anlaşılmadır bu məsələ ilə. Hər kim, əlbəttə bilmirəm sən harada qulaq asılır mənim sözlərimi. İndi bu qruplarda mən fəqət türkçü danışıqlarımı qoyuram bura. Danışıqlarınızı qulaq asıram. Farsları qoymuram. Çünki mən o iki dildə danışıram. Farsça və türkçə danışıram. Orada şərait üzrə mən türk dilində qoyuram. Təbiətən orada türk dilində mövzular ki, türk tip toplumuna əlaqəsi vardı, türk dilində danışaram. O mövzular ki, İranla əlaqəlidir, Türk-İranla əlaqəlidir, farsça danışaram. Amma onlar ki, fəqət türklərə əlaqəlidir, türklər. Məsələn, bu istiqlal, federalizm məsələsi türklərə əlaqəli bir şeydir. İranla dəxli yoxdur. Yəni, biz özümüzə, əlbəttə federalizm haqqında farsça danışaram. Amma istiqlaliyyət, ələl-xüsus istiqlaliyyət mövzusu yalnız bizim içimizin bəhsidir. Və biz burada, sual budur. Nə üçün mən istiqlalından müxalifim? Əsən qəsd nədir? Qəsd nədir bu bəhslərdən? Bu bəhslərdən qəsd türklərin, İranda yaşayan türk xalqının, Azərbaycanın milli müqəddəratı təyin olub, türk xalqı eşit hüquqla başqa xalqlarla bərabər olmasını çalışmır. O eşit budur ki, Azərbaycanda hakimiyyət qursunlar, bizim hizbimizin planında budur. Qursunlar, Azərbaycanda bir hakimiyyət, Tehranla Kərəzdə bir müştərək rejim, Fars-Türk müştərək özəl bir rejim qurulsun ki, iki dilli bir bölgə olsun. Sonra da ki, Türk bölgələri, Türk kantonlarında, Qəşqayda, Xorasanda filan da autonomi qurulsun. Yəni, onlar
Fars bölgəsidir, amma avtonom. Onu da o zaman eləyə bilərik ki, biz məclisdə, yəni gələcək qurucu, yəni bu müəssis məclislərində biz, yəni federalistlər də biz yox yalnız, xalqlar hamı, federalistlər əksəriyyətdə olsun, %51'in səsinin olsun da məclisdə, onda bizi hüququ yerləşdirə bilərik. Niyə üçün? Siz fikir edirsiniz ki, mən nə üçün istiqlalına, əsən mənim istiqlalıma həkim baxsa, həkim qulaqsa görə ki, 30 mamalıyıq, bir dəfə şansımız var bizim. Bizim Türklərin 2 dənə şansı yoxdur. Bir şansı var hüquq qazanmağa. Bu şansı necə kullanmalıdırlar? Buna biz bir düşünməsək, böyük ayrılıq var. Eyni halda sizin bu 3-cü iclasa qədər mən bu 3 dəfə bunu dərk eləmişəm. Bəlkə özdə də demişəm, bilmirəm yox. Bu ki, bəlkə dostlara demişəm, ona görə yedim, gəlişi sizə demişəm. Sizə deməmişəm həttmən. Dostlara demişəm. O da budur ki, ən önəmli strateji ki, siz üstündə danışırsınız və mənim həyəcanımı çəkir, budur ki, gücə bağlıdır. Yəni, o güc məsələsi nə deyirlər? Ən təyin edici. Gələcəyin... Yox, baxın, mənim danışımda 2 faktor ən önəmlidir. Birisi gücdür. Birisi ondan mühümdür. Xalqın milli maarifləşməsi. Baxın, xalqın milli maarifləşməsi olmayınca güc əldə olar? Məncə yox. Tamam. Əsli qəzədə indi gəlir ki, bu federalizm o istiqlal məsələsi də burada daxildir bu bəhsin içinə. Əsas söz taza bir danışmışam, yayacağım indi. Onu danışacağıq. İcazə buyurun. Qoy bunu 3-4 tane cümlə deyim, bu mühümdür. Bunu əlbəttə danışmışam, bir daha müstəqil danışım var. Sizin bu müsahibələriniz məni qoymur işlərimi görüm. Onun danışığını danışmışam, yalnız yayacağım. Söz budur bax, milli maarifləşmə olmursa o güc də əldə olmaz. Onda güc əldə olmasa nə istiqlal, nə federalizm. Yəni bitti. Onda qaldı milli maarifləşmə. İndi milli maarifləşmədə söz konusu. Milli maarifləşmədə söz budur. Əcəba biz federalizmə dayanaraq bu milli maarifləşməni aparsaq daha millətimiz rahat cəzb edə bilər. Ya istiqlal şüarı ilə aparsaq cəzb edər. Söz, bax diqqət edin. Mən federalizmdə aşiqsən tərim ki federalizm qarşı gözünə. Yəni, bax, biz hangi teknikə, hangi dilə, bax, hangi dilə, hangi strateji siyasətə, hangi ideoloji hətta, mən danışmışam orada, hangi ideolojiyə dayana bilər ki, bizim millətimiz, bax, bizim millətimiz deyəndə, Türk millətinin geçən yüzildə asimile olmuş durumuna baxmamız, Fars dilində beyninin dolmasına baxmamız, o milli maarifləşmədə hangi teknikə dayanmalıyıq ki, biz ondan irtibat quraq, əlaqə quraq, fikrimiz ona geridə bilər, fikrimiz ona çatdıra bilər. Əsas odur, federalizm söz gəlmir, siz öz oturmuşsunuz da İrandan gəlmişsiniz. İndi federalizmi İranda desək də federalizm, həmən sözlər deyirik, istiqlal federalizmi, hamısı sözlərimizin biridir. Yəni, istiqlal. Fəqət budur ki, bunlar oradan ayrılıb bir ölkə quracaqlar. Biz yox, o ölkəni, o ayrılıb dövlət quracaqlar. Biz yox, orada dövlət quracaq. Yəni, ayrılmadan. Amma bu xalqın 100 ildir təzyiyə tələb, bunlar ayrılırlar, bunlar təzyiyə tələblər, bunlar filan. Bunun, bu hücum, bu həcmənin qarşısında ki, nə deyək, yox, biz istiqlalla maarifləşmək siz istəyirik, bunda reaksiya icad etməz mi? Bizim millətimizi qaçırtmaz. Onda mən də bunu deyərəm cənabıza. Onda bunu deyərəm ki, 100 min nəfər gedir xiyabanlarda deyir ki, Təbriz, Bakı, Ankara, biz hara, taşlar hara. Bir bunu verirlər, yəni ki, İran danışmır. Bir də deyir, Azərbaycan biri olsun, məsələn, düşməni falan olsun. Burada, yenə də burada danışmır. Yenə də burada İrandan danışmır. Yəni, mən sizə bunu deyəm. Tamam, bütün mənim bir işim də budur ki, yəni, burada getmişəm Kanadada bunun dərsini oxumuşam da. Analiz eləyəm şeyləri, təhlil eləyəm dadələri. O dadələrin içində baxanda görürəm ki, Azərbaycanda bir dana şüar verilmir ki, İran içində qalsın. Bir dana şüar yoxdur ki, İran içində qalsın. Tamam şüarların hamısının üstündə böyük belə yazıbdır ki, istiqlal. Amma o istiqlalı İranda deyə bilmir. Deyir ki, əvəzin ki, desin istiqlal, deyir ki, Azərbaycan bir olsun, istəməyən kör olsun. Tamam. Məhv olsun. İndi qulaq mənim argümanıma sizin bu sözlərinizə. Tamam, o söz deyək ki, siz deyən də hamısı. Analiz var ha, bu traktörün şeyinə təhqiq vardı. Öz adamlarımızın təhqiqi var. Onlar
nədirdirlər, nə səddədlər və həqiqətən milli məsələ nə səviyyədə mətrəhdir. Aya acaba hamısı o cür millidirlər, ya yox bir bölüm millidir. Siz onun təhqiqi var, oxumanız lazımdır. Oraya keçmiyor. Amma deyək ki, deyək cavanlarımız gedir, o şuarı verir. Biz hara, filan kəslər hara, yaxçı. Bax, siz oturmuşsunuz bir daha siyasi hizbindən danışırsınız. O cavan ki gedir orada şuar verir, siyasi hizbə xət verməməli lazımdır ki. Siyasi hizbidir ki, hüquq bilir, təcrübə bilir, tarix bilir, siyasət bilir, dünyanı tanıyır, nə etməliyik olar, nə etmək olar, nə etmək olmaz. O siyasi hizbidir ki, ona deməlidir, nə iş görməliyik ki, qazanaq. Nəinki orada geçsin, məsələn, 5-10 dana cavan, ya 1000 dana, 5000 dana cavan bir şuar verirsin, biz qaçaq onu da alırsınız. Bu yanlışdır siyasətdə. Dünyanın heç yerində hizbi siyasi şuar da alırsa qaçmaz. Özü şuarı təyin edər. Çox sağ olun. İttifaqən mənim nəzərim budur ki, yəni siyasi hizbilərin təsirini biz orada görürük istiqlal deyə ki, millət də onu dəstəkləyir. Ya məsələn, hansı siyasi hizb, qardaş? Hansı siyasi hizbin? Hansı siyasi hizbin dəstək? İstiqlalçılar. İstiqlalçı hizbin o kadar tərəfdarı vardı. Yəni hizb adı belli adının değil ama kollen istiqlalçı düşüncəsini... O deyil. Mən sizə qoyun gəlin o istiqlal tarixini, Azərbaycanda istiqlal tarixini məndən soruşun, mən sizə deyim. O bizim hizbilərimiz də, bir dəqiqə. Bizim hizbilərimiz, yəni Azərbaycan Dünya Azərbaycanda istiqlal şuarı verənlərin hamısı Elçi bəydən istiqlal şuarını alıp verilir. Nəinki xalqa dəxli yoxdur. Və İranda istiqlal mövzusu mətrə olması Elçi bəyin bütövlü təfəkküründən, Azərbaycanın istiqlalından qaynaqlanır. Nəinki bizim hizbilər. Bizim hizbilərimizin mövzuyyət yoxdur. Bizim rəhbər kimidir? Ayı Çeyrəqani İran məclisinə nümayəndə gedildi. Məclis nümayəndəsi istiqlalcı ola bilərdi. Ən böyük tərəfdar olan şəxsiyyət ki, bizim Azərbaycanda mətrə oldu. Ay Çeyrəqanidir. Nəyə? Gedin məclis nümayəndəsi olsun. Məclis nümayəndəsi istiqlalçı ola bilər. İcazə buyurun, şəxsiyyətlərə görə danışmayaq. Çünki burada əslən qeyri şəxsiyyətlər danışmayaq. Əsla. İstəyirəm o deyim ki, istiqlaliyyət zehniyyəti Azərbaycanın istiqlaliyyətindən gəlir bizim fəalların zehninə. Nəinki bizim hizbilərimizdən. Bizim hizbilərimizdən o xətadır. Onda o cür olsa deyəcək, bizim məsələn, o qədər bizim tərəf... Onda da gərək deyək ki, millət partilərdən öndədir. Gərək bunu deyək. Çünki istiqlal, icazə buyurun, burada mən istəyirəm qutaraq keçək bəhsə ona görə. Dünyanın ən üstün siyasi fəaliyyəti dövlət qurmaqdır, hakimiyyət qurmaqdır. Yəni, siyasətin ya belə tacıdır da, tacı odur. Əgər bir dana siyasi hizb ondan 10 metr aşağıdır, millət ondan 10 metr üstədir, yəni ki, siyasilər daldadırlar. Bir dana iki yan cümlə mən siyasi hizbilərimizdən deyim ki, bizim siyasi hizbimiz yoxdur. Adda var, adda hizb var. Bizim siyasi hizbilər ki, adda hizbidir, siyasi quruhdurlar. Siyasi hizb odur ki, biz seçimə geçsin, desin də bu seçimdə göstərir ki, bu hizbin, məsələn, hizbi A 5% yəni cəmiyyətin, hizbi B %10 cəmiyyətin nəzərini alıb. Hizbi filan C, məsələn, bir cəmiyyətin %15'in rəyi var. Onlar hizbidirlər. Biz hələ hizb olmamışıq. Biz quruh siyasiyik, yəni rəhbərimiz var, kadr siyasının məsələn varımızdır biraz, məramnaməmiz var, əsasnaməmiz var. Yəni rəhbərlər, liderlər var biraz. Amma o kütləviləşməyib. Baxın, özümüzdə xiyalat düzəltməyək. Bu xiyalat düzəlsəcəklər, o xiyalat əsasında bərnamə qoyuq. Onda həm özümüzü xərablarıq, həm toplumu xərablarıq. Bizim quruh siyasi varımızdır və kütləvi olan hizbimiz, quruhumuz əsla yoxdur. Məsələn, siz gedin bir məclis. İndi məsələn, bizim rəhbərimiz getsə, bu hizbilər rəhbərimiz mən gəlirəm, danışım. Neçə nəvər adam gəlir onun sözünə qulaq asmağa. İndi gedin Türkiyədə bir nəvər, məsələn deyək, bir hizb rəhbər gedir, ən azı 100 min nəvər gəlir oturur onun sözünə qulaq asmağa. Ona deyərlər, hani kütləvi olan bir hizb. Nəinki, bak quruh siyasi, hizbi siyasi. Bunlar başqa şeylərdir. İranda bu hepsi gəldə davam eləyəcək. Çünki bu çox ciddi istiqlal məsələsinə aparıcı yox. Sözün gəlişi mən yəni deyirəm də, tamam, məclis istəsən. Yenə bunları davam verəcək. Yəni bəhs orada çox ciddi aparıcı yox. İstəyirəm ki, bu qismətlərin keçək sizin partilərə görə bunları o əvvəliyyələr gətirək, insanların əlaqəsi olsa sizə üyə olsunlar, gəlsinlər, sizi tapsınlar. O bölümləri keçək. Buradan bir xülasə sizin
düşüncələri siyasi olaraq, əsasnamə olaraq, məramnamə olaraq düşündük, eşitdik. İndi getirin bu birisi bölümə ki, üyələr məsələsinə. Ondan sonra yavaş-yavaş tədqiq ciddilərə gələcək yenə istiqlal və federal, bunlar çox təşkilat. Kimləri hangi şərtlər əsasında üzv götürür? Əsasnaməmizdə bizim şərtlər budur ki, İran şəhribəndi olsun və Türk olsun. Yəni, əlbəttə o qeyd olmayıb, ha? Amma Türk olması şərtdir. Amma qeyri-Türk də yəni yoxdur əsasnaməmizdə bu. Bizim üçün elə bir üzvümüz yoxdur. Bir dənə üzvü, qeyri-Türk üzvümüz olsaydı, bir bənd əsasnaməyə görə artıraydık ki, bizim həvadarlarımız, başqa xalqlar da edə bilər üzv olsunlar. Yəni, amma mən indi düzün sözü əsasnamə təxəssüsüm yoxdur. Yadıma gəlmir ki, biz orada bu sahədə nə yazmışıq. Çünki mən dəvət eləmişəm, bunu diqqət buyurun, mən dəvət elədiyim üçün onlar da mənə cavab verməlidir ki, mən istəyirəm cərəyanda olsunlar burada nə geçir. Onun üçün videolar hər gün göndərirəm cənablarına. Tamam. Üzvlərin yüksəlməsi necə və hangi şərtlərə bağlıdır sizin partidə? Bir də deyin, üzvlər. Biri mən baxdım gördüm ki, bu şərtlər ki qoymuşdur üzviyyətə, mənə bu şərtlər var. İndi sizin partiyə üzv oldum. Hangi şərtlər əsasında mən o təşkilatda üstə gələ bilərəm, yüksələ bilərəm? Hani əvvəldə yüksəlməyə ki, ona elə bir yüksəlməyə elə bir əsliməz yoxdur bizim təşkilatımızda. Belə eləyəcəksən, yüksələcəksən. Üzviyyət vardır. Üzviyyət kimlər üzv ola bilərlər? Yoxdur, üzviyyətdən sonra mən nəyə üzv olum orada? Mən ki gedəməyəcəyim üstə niyə üzv olum? O təşkilat içində, proses içindədir ki, hər kəs öz o istedad və ya əlaqəməndlərin öz maraqlarına görə şəraiti. O nədir? Hangi şəraitdə? Yəni istəyirəm onu soruşam belə. Hangi şəraitdə yüksələ bilər? Fəaliyyəti, yəni onu mən təşkilat məsulü gətirəsəm danışırsınız. Onu fəaliyyətləri təşkilatın içində və özünün maraqları, bir də təşkilat tərəfindən onun hangi gücdə, onun içində olan yetənəkləri, onlar dəyərləndirilir və onun öz marağı və yetənəkləri təşkilat tərəfindən dəyərləndirilmədə müəyyən bir, məsələn, filan posta kandid olur. Və yəni normal olaraq. Üzvlərə təlim verirsiniz ya yox? Nə cür? Üzvlərə təlim verirsiniz ya yox? Yox, təlim praksisdə olur. Yəni, məsələ, bu mənada tərif ki, biz istəyirik ki, məsələ, biz bir etilaf siyasi biz istəyirik ki, o etilaf siyasıda, məsələn, görürük ki, bir dənə üzv eləyə bilər, burada nümayəndəlik eləsin. O mövcud nümayəndənin yanına qoyuruq, orada praksis eləsin. Təmrin, yəni öyrənsin. Orada qalsın bir proses, uzun proses və yavaş-yavaş işin içine yerləşsin və yerini alandan sonra, öyrəndən sonra indi qalıb bizim indi iki də alternativimiz var hocam. Bu ya o, yəni bu vasitə ilə təmrin, yəni əməli iş, əməli işdə. Yəni kilas yoxumuzdur. Kilas yoxumuzdur. Tamam, yox ki. Kilas mədrəsə yoxumuzdur. İnşallah siz üzv olandan sonra onu da quracağıq. İnşallah cənab Nəcib. Bu şeylərin sonunda mən bir hizbə üzv olacağam. Amma hangi sahələrdə, qonularda üzvlərinizə təlim verirsiniz? Zahirən təlim verirsiniz. Cavab verdik ki, orada o cür sistemi o yoxdur. Sistem yoxdur. Təlim sisteminiz də yoxdur. Ona görə gedək. Onu da geçək sizin təşkilat içində təşviq və cəza sistemi necədir? Təşviq sistemi var ki, yəni müəyyən təşviq, o da təşviqi mənəvidir, yəni başqa bir təşviq yoxdur. Amma cəza vardır. Cəza ki, yəni təxəllüf da, təşkilatı təxəllüf. Məsələn, təşkilatın əsasnamə və məramnaməyi böyük təxəllüflərdə inanılmaz dərəcədə bir o cür təxəllüflər eləsə, yəni ixtar, bir dəfə də ixtar, sonra məsuliyyətindən alma, dördüncü dəfə təkrar eləsə, təşkilatdan getmə, olsa var. Gözəl. Sizin təşkilatın
içində seçim var. Seçim var, əlbəttə seçim var. Tamam. Sizin təşkilatda uzmanlıq, yəni təxəssüsə necə baxılır? Yəni, bizim təşkilatda uzmanlıq məsələsi çox həyati bir məsələdir. Və bizim əcaib dərəcədə bu son zamanda, ələlxüsus bu qadın yaşam azadlıq hərəkatında bizim sıralarımıza bir xeyli, Bakılılar demişkən, bir xeyli artdı üzvlərimiz və bu hamısı da yəni, təxəssüsi kadrlardılar. Çox yüksək dərəcədə yəni, mütəxəssislərdirlər və o bahis olub ki, biraz o sahədə həm gəlişsin, həm də o zəminədə çalışmaya bir şərait yaransın. Yəni, bunu niyə soruşdum? Çünki məsələn İranda deyirlər ki, təəhhüd və təxəssüs. Bunlar bir-birinə qarşı-qarşıya gəlir. Sizdə, sizin hizbə təəhhüd çox önəmlidir, yoxsa təxəssüs çox önəmlidir? İndi ölkədədik Cumhur İslamlıq meygarları ilə hizbimiz ərziyablıq eləcək, o gözəl çıxmayacaq əsla. O adam ki gəlir siyasətin içinə, dərməzmu. Onda, onun içində toplumda bir dəyişikliyin zərurətinin olması qaynayıb ki gəlir. İçində bir hissi var gəlir. Ona görə o dəyişikliyə üzü qoymaq üçün gəlir topluma. Toplumda gəlir 100 cür hizbi vardı. O niyə bizim hizbimizi seçir, fəaliyyət etsin? Yəni, bizim türlü düşüncə tərzi ilə toplumda dəyişikliyi tələb edir deyə düşünmək lazımdır normal olaraq. Ona görə İndi siz burada siyasi ideolojik baxırsınız. Amma hizb buna görə qurulmur ki, fəqət ideolojisi. Hizb buna görə qurulmur ki, idarə eləsin. Yəni, toplumu idarə eləsin. Məmləkəti idarə eləsin. Yox. Əvvəl gərək sənin bir idəm proqramın, planın, idəm teorin olsun da, bir adam ki, toplumda dəyişikliyi bizim hizbi kimi dəyişikliyi düşünür, gəlir bizlə çalışsın da. Yəni, onun təəhhüdünü təəhhüd sual altında deyil. O zaten istəyir ki, bir şey dəyişsin ki, gəlibdir. Deyə burada fəaliyyət eləsin. Yəni, təəhhüd sualı bizim təşkilatımızın söz konusu deyil, mövzu bəhsimiz deyil. Yoxsa hiç gəlməz işi, qatılmaz bu işə. Ona görə bir insanın əməlinin içində bir təəhhüdü, əməl onun təəhhüdünü göstərir, lazım deyil ona sual altına aparasan, vardı, yoxudu filan. Olmasa gəlməz də. Ondan sonra, amma necə bir təhəvvül istəyirsə, bizim, məsələn, təşkilatın, partiyanın, Azərbaycan Demokrat Partisinin məramnaməsini bu təhəvvülata uyğun, demokratik və zəruri görüb gəlir, bizi daha çox sevindirir. Çox gözəl. Ləyaqəti necə görürsünüz? Ya necə ölçürsünüz? Ləyaqəti hizb içində, ləyaqəti necə ölçürsünüz? Valla, ləyaqət sözünü mən çox gözəl bir söz bilmirəm sizə. Yəni, onun haqqında danışıq. Kim oturub kimin ləyaqətini ərziyablıq edəcəkdir? Mən də onu deyirəm da, məsələn, filan kəsi filan yerə qoyaq, qoymayaq. Necə ölçürsünüz, qoyursunuz sonra? Onun yetənəkləri söz konusudur. Ləyaqət bizim toplumumuzda, yəni, bir pozitiv şey var, amma bir xeyli içində bir negativ şey var. Ləyaqətsizlik sözü bizim toplumumuzda ləyaqətlidən çox işlənir. Amma ləyaqət çox mühümdür. Yəni, ləyaqətsiz sözü bizim toplumumuzda daha çox işlənir. Bu filan kəs ləyaqətlidir. Daha çox ləyaqətsizliyə varmaq qoyulur. Ona görə bu sözlüyü hizb və siyasi çərçivədə bu sözlüyü işlətməyə düzgün bilmirəm. Yetənək, nə qədər yetənəyi var bu işə, o daha olumlu bir şey. Onu necə ölçürsünüz? Yetənəyi necə ölçürsünüz? Yetənəyi onun praktisində hər kəsin əməldə həm özü, həm onun çevrəsində fəaliyyət edir. Məsələn, deyək, bir timdə çalışır, hani bir bölümdə daha təşkilatın fərqli bölümləri var. Bir bölümdə çalışır, orada onun çevrəsində dostları ilə fəaliyyət edir. Onlar eyni halda özü, yəni hiss edir ki, harada durur, yəni nə iş görə bilər, hangi məsuliyyətləri qəbul edə bilər, yəni normal olaraq, yəni. Və bir də onun o tim, o qrupla, o bölümlə ki çalışır, onlar bir ərziyablıq edir. Məsələn, filan kəs, filan məsuliyyətə uyar, yaxşıdır filan. Yəni, bir anlaşma çərçivəsində gedir. Əlbəttə, bu vardır ki, bizim hamımız
təcrübəsizdir bu sahədə. Azərbaycan qoyulan siyasətdə təcrübəsizdir. Buna ümid edirəm sənin sualların olsun mənə sizin. Və mən onu biraz dəyərləndirim. Çünki Azərbaycan təcrübəsizdir siyasətdə. Onu biz başa düşməyincə büyüncə hərəkətlərin dərinliğin və üzeysəlliğini düşünə bilməyəcəyik. Ona görə bizim o cürsi iddiai təcrübə olmamız da yoxdur. Yəni öyrənirik, öyrədirik eyni halda bir-birimizə və bu vasitə ilə irəliləyirik. Harda dururuqsa bugün, o da bir nisbi bir durumdur, yəni nisbi bir yerdir. Yəni ideal bir yerə əlbəttə ki biz bu tezlikdə yetişməliyik. Ona görə çalışmamıza yer və zaman çoxdur. Ona dayanmayaq. Qoy biraz neçə il ondan sonra gəlin bu sualı verin. Bəlkə ona dəqiq daha cavab vermək olar. Tamam. Rantıdan siz nə tərif verirsiniz? Partinin içində rantıdan nə tərif verirsiniz? Partinin tərifi yəni. Partinin tərifi yoxdur rant haqqında. Çünki bizim, yəni yalnız bizim, yəni Azərbaycan Demokrat Partisi deyil, Azərbaycanın heç bir partisində rant söz konusu deyil ki, yəni rant, yəni daha böyüyəndən sonra, məsələ deyək ki, çox böyüyəndə bir pul məsələsi, post məsələsi, məqam məsələsi gələndə, yəni avantaj da, rant yəni haqsız birinə avantaj vermə. Rant yəni, məsələ deyək ki, sən bir dövlət sahibisən, dövlətin rəisisən. Məmləkətdə, məsələn, 1000 dənə şirkət var, o şirkətin fəqət 3-4-ünə layihələr versən, ola işlər görülür. O işlər həqsizcə də, yəni, məsələn, modern dövlətlərdə bir layihə dövlət işlədirsə, qoyur layihə rəqabətə. Və tamam şirkətlər o rəqabətdə, o layihəni almaqda iştirak edirlər, fikirlərini verirlər filan filan. Onların içindən seçilir, rəqabət olur və dövlət öz mənfəətlərini baxır, nəzərsə, onların içindən birini seçir. Amma bir, yəni, ranti dövlət odur ki, gəlsin bu şirkətləri deyil, məsələn, 3-4-5 şirkət seçsin, məsələn, onlara versin və mənası budur ki, onlara verəndə, məsələn, deyir ki, bir dənə 1 milyardlıq, məsələn, deyək 1 milyardlıq bir şirkətə verir ki, deyir ki, mən bunu sənə verirəm də, oradan da ona bir, yəni, o rəisə, o şirkəti verdiyinə pul gəlir də, rant, müftə pul gəlir oradan. Deyirin ki, mən 100 dənə, 200 dənə şirkət vardı, verməmişəm, amma sənə verirəm. Bizim hizblərimizdə, məsələn, rant dövlət səviyyəsində məsələ vardı, dövləti layihələr məsələsində. Ya, post məsələ. Çünki suallar burada çoxdur, 12 dənə sual soruşacağım. Onlarda cavab verin, bunlar orada düşünülsün. Sizin təşkilatda ranta necə baxılır? Sizin təşkilatın özünüzdə ranta necə baxılır? Ranta əsla xoş baxılmaz. Rant yəni haqsızca birinə ya birilərinə avantaj sağlamaq və o, yəni korrupsiya. Kim ona yapır? Tamam. Rantla ləyaqəti, ya rantla siz buyurdunuz nə mənə? Yetənək. Yetənək. Rantla yetənəki necə ayırt edirsiniz bir-birindən? Rant yetənəkin dəxli yoxdur əsla. Yəni, dəxli olmayan bir mövzulardır olan işinin. Rant, baxın, fərqli formada rantlar var. Məsələn, çox fərqli, pinçidə bir şeydir. Yəni, mən bilmirəm ki, bizim mövzuyu bəhsimizdir. Rant bir daha özü müfəssəl bir sözdür. Məsələn deyək, Riza Pəhləvi. Riza Pəhləvi... Yox, getmiyorum. Onlara getmiyor. Bilirsiniz niyə? O misalı vursam ki, mən də misal partidən vururam. Partinin icazə buyursa görəcəksiniz ki, nə cür partinin içində mən rantı çıxadıram eşiyə. Tamam. İndi, rantıdan tərifiniz və düşüncəniz nə oldu? Rantıdan tərifimiz bu oldu ki, haqsız şəkildə birinə ya birilərinə ayrımcılığı nəzərə alaraq, yəni xüsusi olaraq şərait yaratma, avantaj vermək. Sağ ol. Rant hangi şəraitdə və hangi sistemdə ortaya çıxar ya da rant sisteminə çevrilə bilər? Rant hər yerdə əgərsə, yəni hizb içində ola, ya dövlət içində ola, şəffafiyyət və dəqiq nəzarət əməlkərdə olmasa, rant məsələsi meydana gələ bilər. Misal vurun. Yox. Məsələn. Misal vurmayın, qalsın. Misallı şey eləyəcək. Yox, misal özümüzdən vurmayacağım. Eşiklərdən misal vururam. Məsələn deyək ki,
Adama. Məsələn, Avropa dövlətlərində ümumiyyətlə də bu misal da Avropa dövlətlərində bir vəzir ya baxan ya bir başbaxan çox məsələ deyək ki, məsələn 200 dolar haqqı var ki, hədiyyə alsın. Hədiyyə. Bəli. Amma əgərsə o hədiyyənin səviyyəsi 200 dolardan qalxıb məsələn 20.000 dolara qalxırsa, onda o 20.000 doları o məhkəməyə verirsə, bu 20.000 doları niyə verdi, harada verdi, nə dörtü verdi, məhkəmə məsələsinə çevrilir. Halbuki hətta o adam ki 200 doları da alır, ha bu məsələn postu dövləti deyəm 200 dolara haqqım var hədiyyə alım, amma o hədiyyə mənim deyil şəxsi, baxanlığımdır. Yəni şəxsi üsul orada olmur. Halbuki bizim məsələn yəni bu rişvəxar dövlətlərdə da bu ranti dövlət deyirlər əslində ona. Ranti dövlətdə gəlir deyir ki, məsələn, yaxşı, bina şirkət gəlir, məsələn, deyir ki, bu bizim maşınlarımızı alın bu ölkəyə. Bizdən, bir şirkət gəlir, əsləhə satan şirkət deyir, bu silahları bizdən alın. Deyir, tamam, biz 100 daha şirkət var, əgər sizdən alır, siz necə nə verəcəksiniz? O hədiyyə ünvanında gətirir, buna bir dənə ev alır, verir, məsələn, ya bir çox böyük bir rəqəm verir ki, bu sənə verir. Mesela Sued'in bir tane savaş şeyi var, uçağı var. Savaş uçağına bu Avrupa dövlətlərinin birində gedib adam tapmışlar, yani Müdafiə Nazirliyinə deyək. Müdafiə Nazirliyinin muavinindən 1 milyon kron pul vermişlər ki, bura bu şirkət, yəni o uçağın şirkəti ki, o dövlət buradan uçağı alsınlar. Yəni, çox piçidə məsail var. Yəni, fəqət pulda deyil. Yəni, post məqam da var. Rant mövzu məqam da var. Ona görə istəyirəm ki, bunu partinin içində saxlayaq. Çünki eşikdəki misallar bizim parti içindəki rantı görməm. Amma bizim partilərimiz, yəni Azərbaycan partiləri rant mövzusuna bəhs edən səviyyədə deyildir. Bu bəhs. İndi görəcəksiniz ki, o səviyyədədirlər. İndi görəcəksiniz ki, onları çıxadacaq. Suallarla geçsək, görəcək ki, sizin təşkilatın içində ləyaqət ya yetənəki hangi standartlarla ölçürlər? Yetənək modern, baxın, yetənək modern toplumun yetənəkləri nədir? Bilim, demokrat insan olma, demokratik düşüncənin olması və partiyanın proqramına, planına vəfalı qalmadır. Yəni yetənək. Bunun öz içində düşüncə sahəsində, yəni fikir ürətmə sahəsində siyasət ürətmə mənzurumdur. Siyasət ürətmə sahəsində nə qədər güclü yetənək var, o söz konusudur. Sən baxırsan bir daha təcrübəli siyasi kadrına, bir təcrübəsiz siyasi kadrın yerdən görürsən bir-birinin fərqi var. Oturuşuğu, duruşuğu, danışığı, dili, argüman sistemi danışıqda. Bunlar hamısı yetənəklərin fərqidir. Təcrübəsiz və təcrübə arasında. Bunlar bir-birinə fərqlənir. Yəni orada yetənək, orada rant nə deməkdir, mən onu bilə bilmirəm. Yox, iki dənə adam bir səviyyədədir fərz eləyin. Siz istəyirsiniz ki, bunlardan, məsələn, bunların yetənəklərini ölçəsiz, birini, məsələn, qoyasınız filan yerə, ya göndərəsiniz filan şeyə. Seminar var bir dənə, məsələn, xaricədə. İstəyirsiniz ki, bu iki nəfərdən birini göndərəsiniz o seminara. Xərcin verəcəksiniz, imkanın verəcəksiniz, bir imtiyazdır da. Adam bir gedəcək, bir iki gün istirahət eləsin. İstirahət, valla biz seminara girən istirahət görmürük. Bence siz istirahət edirsiniz. Bence onu hiss eləməmişəm. Amma burada bizim sistemimiz uçursudur deyəcəm. Tamam. Yəni bizim sistemimizdə seçmə yoxdur. Yəni fərman yoxdur. Yəni bizim təşkilatın içində fərman, ya biz səni seçdik ki, seminara gir. O da şey yoxdur. Məşvərət eləyəcəyik, kim qəbul elərsə o gidəcək. Deyəcək, məsələn, filan kəslər eləyə bilər girsinlər. Kim istəyəcək? Yox, elə onların biri filan kəslər gedə bilər, amma filan kəs gedənməz. Mənim sözüm oradadır. O ki gedə bilməz, onu necə qoydunuz qırağa? O özü qoyur qırağa da. Mən eləyə bilmərəm. Ümumiyyətdə belədir. Yəni, məsələn, seminara girəndə, ümumiyyətdə bizim yəni deyəcəm cür olmuyor ki, yəni mən təcrübəm yoxdur deyəm, məsələn,
ağa ye, əlif ya, xanım əlif yesin, B getməsin. Bu olmayıb ki, yəni daha çox məşvərət ilə və anlaşma ilə, yəni mən dedim sizə, səviyyə, yəni bu səviyyə, yəni güc, parti üzrə nədir? Əgər bu sayı çoxaldıqca, siz deyən mövzu daha həssaslaşır. Bizim əlimizdə bir məsələn deyək ki, məsələn 3 tane sosiolog varmızdır. Sosiolog varmızdır, sosiolog. Deyək bu sosiologistlərin məsələn 3'ün biri lazımdır, hamısını göndərək. Əgər 3 tane olsa məsələ rəqabət gələcəkdir və orada bu seçim məsələsi meydana gələcək. Amma əgər bir dənə olsa, ayrı çağıran yoxdur, elə o gedəcək da yəni ora. Bizim durumumuz elə o bir dənədir. Mənzur ona görə indiyəcən o cürsə bir cədəl o bəhs meydana gəlməyib ki, mən yəni şəxsən təcrübəm yoxdur ondan cədəl. Mən bunu sizə deyirəm ki, nə təkrar edirəm. Yəni bizim təşkilatların səviyyəsi, nə ki bizi deyək Azərbaycan. Yəni kollən Azərbaycan təşkilatların yəni kəmmi səviyyələr deyək. Kəmmi səviyyələr o səhətdə deyək ki, bu cür yəni rant mövzusu çox ciddi məsələ olsun. Ona görə bizim bu suallarca bu sahədə nə cavab verəcəyim Allah bilir. Tamam. Acaba sizin təşkilatda standartlar hamı üzvlər üçün standartdır, yoxsa bəzi üzvlərə üstünlük verilir? Üstünlük vermem söz konusu olamaz. Ola da bilər, ola da bilməz, bilmirəm. Yəni kimsə o fikir eləməz ki, üstünlük versin o birinə. Mesela birinin əlbəttə rəftarı şəxsisində o cür bir hərəkətlər ola bilər, amma mesela təşkilati usulda üstünlük vermə. Bizdə onu mən görməmişim, hiss eləməmişim onu. İndi daha bunu açıqlayayım, daha şey olsun. Ailə və əqrəba üzvlərinin bir təşkilatda olmasını rant sisteminə bağlırsınız, yoxsa yox? Rant sisteminə əqrəbanın olmağı rant sisteminə təsir edə bilər deyə düşünmək lazımdır. Yəni, əqrəba, familcə, əvvəla, yine də dedim da, qalıbdır bu kəm və keyfə. Kəmli keyfə ədədi və kəmli keyfə fikri, siyasiyə. Ama bir var ki partini bir bugünlük görək, bir var ki bu partini bir 50'lik görək. Biz bugünə baxmamız lazımdır. Biz sabahki bilmirik. Yani biz niye bir şey zamandan danışaq ki, hiç bilmirik ne olacaq. Bence o cür bir şərait olmayacaq, şərait olacaq, bədtər olacaq. Biz bu günü danışmalıyıq. Çünkü ben sabahki bilmirəm, niye izah edəcəyim ona? Siz o zaman, mən fikirəm, siz 200 il yaşayacaqsınız, 100 il yaşayacaqsınız, 50 ildən sonra gəlin Azərbaycan Demokrat Partisinin hər kim bir məsul taparsınız onda danışarsınız, onda bu suallara cevap verərəm. Ama mən büyünün suallara. O cür deyil. Rant sisteminin indi qabağını almazsa sabahları sistemimiz rantla gedər üstəlik. Fərz edin ki, gecə yatdıq, səhər gördük ki, Azərbaycan ya müstəqilli olubdur, ya da siz deyən sistem federal olub İran. Sizin partinin bugündən əgər onun sistemi düşünməsə rant sistemi, sabahları sistem rantı gedər. Misal üçün çəkdim bunu. Əlbəttə ki, rantı tanımamız lazımdır, rantı tərifimiz dəqiq olmaq lazımdır. Rant nə qədər müxərrib bir pədidədir. Zaten yəni korrupsiya da onun bünyəsi və ədalətsizliklə bir sistemini, ədalətsizliyi bir sistemin içine yerləşdirmək. Onu bilməyimiz lazımdır. Kəsin yəni. Amma bu nə qədər... Məsələn, mən cənabızla dostum. Cənabızın 3-4 dənə dostuz var. İradəti olandır. Mənə tabii iradəti var cənabıza. İndi seçim də orada. Orada seçimdir partide. Bu iradətliler sizə rəng verəcəklər da. Siz rantından istifadə edirsiniz. Hətta bəlkə bizim rant gəlib partiyə gəlməyə köməklik edin. Gəlin partiyə. Biz sizə iradətimiz var. Qoy bu rantın haqqında mən bir söz deyim də. Ən son seçimlərdə konqremiz bizim oldu. Məsullar, 5 nəfər məsul seçiləcəkdi. Seçildilər, müşavirlər seçiləcəkdi. Müşavirlər seçildi, mənim adım yaddan çıxmışdı. O indi olacaq, amma Xümeyni ki, biləxərə bir qurucuydim, o arada geçmişim vardı, adım, əsən ilk kəs adımı çəkmədim ki, adım qoymuş müşavirə. Sonra bəhs gəldi falan, buraya bir müşavir, məsələn, filan kəs var, burada adı yoxdur sizə, filan təyid olmayıbdı, sonra adı qoydular, təyidlədilər, yəni, ozusu bir durumdur. Bəlkə mən daha məzlum bir şəraitdəyəm burada.
bir çare qılmalıyam. Özümə bir Xumeyni də çox çare gözəl qılmalıyam. gəlmişdi. Yox, istəyirəm bunu deyəm ki, Xumeyni də çox gözəl gəlmişdi. Mən gedəcəm quma, işim də yoxdur. Falan amma gəldi sonra gördük ki, dünyanın ən korrupt sistemin, ən edam edici, ən qəddar sistemin qoydu. Çünki biz bilmirdik da bunlar nə düşünürlər, nə cür aparacaqlar. Yəni şinaxtımız yox idi. Heç cürə bunları tanımırdıq. BBC gətirdi, soxdu beynimizə, biz də getdik onu gətirdik. Çıxartdıq başımıza halval elədik. Gücü də verdik əlinə. Sabahlar gördük ki, getdi tamam korrupsiyanın içinə. Ya belə dünyada ondan korrupsiya olan bir şey yoxdur. Yox, İndi sözdür. O ki, rantı tanımaq və dəqiqcə tanımaq və onun qarşısında usullar tanımaq, nəzarət və şəffafiyyət məsələsini çox diqqətlə incələmək, onlar düz sözdürlər. Amma dedim sizə, bizim eşelimiz, yəni mənim adım yaddan çıxandan sonra siz orada nə rantı deyə axtaracaqsınız? ailə və əqrəba üzvlərinin bir təşkilatda olmasını rant sisteminə bağlayırsınız ya yox? Yox. Yəni Yox. bağlamırsınız. Yox, normal olaraq siyasi partiyaların tərəfdarları ailəvi də olurlar. Yəni üçün ailənin içində bir tərəfdar tapır, iki tərəfdar tapır, yavaş o bizləri cəzb edirlər. Elə ailəvi bir hizbin tərəfdarı olurlar. Amma o demək deyil ki, bir ailə bir hizbin içində oldu filan. Onda ailələr bir hizbin içində gəlməyirlər ki, rant olur. O düz deyil. Amma ailə bir partiyada, bir təşkilatda rantı icad edə bilər deyə düşünmək lazımdır. Tamam. Acaba sizin təşkilatda ailə, əqrəba və famillərdən qurgulanıb mı? Yəni sizin təşkilat belə bir sistemdən qurgulanıb mı? Ailə, o bir şeyimiz yox. Bizim təşkilatın bünyəsi Federal Demokratların hərəkatından ki 12 nəfər ayrıldıq. O təşkilatda o 12 nəfərlə biz təşkilat qurduq. Yəni o 12 nəfərində, əlbəttə 12 nəfəri yox, 10 nəfəri orada Federal Demokrat hərəkatının qurucularıydıq. Sonra 2 nəfər artmışdı. O 2 nəfərlə ayrıldı. Sonra bu təşkilat qurduq. Bünyə üzr qurulubdur. Demək ki, yəni onun tarixi quruluşu o rantı. İndi də odur deyil. Yəni indi də əqrəba famil qrupu deyil, yəni əqrəba famil yoldaşlıq. Yox, əqrəbalıq da əlbəttə ki, məsələn vardı ki, məsələn xanım ağa təşkilat üzvdülər, amma yəni bir şey nəyə göstərir? İranda Ələl xüsus ki, xanımlar birinci söz deyirlər, daha ağalar daha çox korrupsiyaya qatırarlar axı. Məsələn, İranda misal vururam. Nehzət-i Azadi ya milli məzhəbilərdən danışsaq, qeyri-rəsmi hizbidir. Bunlar rəsmi olaraq hizb deyirlər. Amma bunlar rant hizbidirlər. Nə cür? Hamısı bir-biriyle evləniblər. Bu onun damadıdır, bu onun gəlinidir, bu onun dayı qızısıdır, bu onun əmoğlusudur, beləsidirlər. Yəni, bu cür İran sistemi, yəni bu hakimiyyətin adamlarıdır da. Xeyr. Milli məzhəbiləri deyirəm, şeyləri deyirəm, bunları ki, sistemdən eşikdədirlər. Hamısı rantıdır. Yəni, məsələn, tuta bilmir dövlət bunları. Niyə? Deyir ki, məsələn, biz yığışmışıq, tutamıyırıq. Bu mənim dayı qızımdır, bu da əmi qızımdır, bu əv oğlumdur, bu xal oğlumdur, bu da oğlumun qaynatasıdır, bu oğlumun qaynatasının dayısıdır. Beləsi. Bu bir də rantıdır. İran dövlətdə buna bir iş görənmir. Çünki gedəndə deyir ki, burada cənəsə deyir ki, biz burada oturmuşuq, şam yiyirik. Ailə. Onu ranta bağlamaq olmaz ki. O ranta rəbti yoxdur. O ittifakın siyasi taktikdir. Başına yağa rantıdır. Buradan eşiyə çıxmaz ki. Burada hizbin içində mən mövqeyiyyət taparam gedəm üstə. İlla ki, gələ evlənəm. Evlənərsəm gedərəm üstə. Aha, o cür. Rant çox şeydir. Mənim bir onu dedim ki, yəni mənim cümləm bu idi. Bir ailəvi münasibat rantın bir təşkilat içində rant formalaşmasında rolu ola bilər deyə düşünmək lazımdır. Yəni o cür deyil ki, heç bir təsir olmasın. Olar. Amma varlığı hətmən ranta aparır mənasına gəlməz. Hətmən aparar. Amma bunu mən bir dana misal gətirib. Çünki bunu əslən suallarımın içində yazılı olaraq göndərmişəm xidmətinizə, onu oxuyayım. Mən burada bir yerdə işlirdim. Bir dana şirkətdə, bəqqalda işlirdim. Orada bu təcrübəni yaşadığım üçün sual formatında qoymuşam. Kanada sistemində əgər sizin baqqallıq dükkanınız varsa, latarı satırsınız orada, əlinizdə rant imkanı var deməkdir. Baxın,
Tükanız var. İmkanı var deyirsiniz. Yani imkan var. İmkanı var. Nə deməkdir? Bunun üçün sizin özünüz və ailəniz və yaxın əqrəbanız sizdən latarı ala bilməzlər. Qanundur. Kanadada qanundur. Niyə? Çünki rant hesab olur. Rant hesab olur. Siz bu sistemə görə rantı və özəlliklə də siyasi və idari rantı necə görür? Mən misalımı vurum. Mən bir dənə bəqqallıqda işlirdim. Orada şey də vardı, bu latarisi də var idi. Latarini hər gün özümə latarı alırdım. Orada satırım da gündə 10.000 adam alır, birində mən özümə alıram. Deyirəm ki, buradan çıxar, məsələn, 70 milyondur bu həftə, çıxar bir dərdimizə dərman elərik. Ümiddir da, ümid üçün gedirik da alırsan. Bir gün bir dənə xanım gəldi, latarini aldı, mən bir iştibah elədim. Ya nə oldu bilmirəm, dedi ki, istəmirəm. Mən gəlib bunu kənsil edəyəm, kənsil eləməyi başarmırdım. Dedim ki, tamam, mən bunu özüm götürürəm. Dedi, sən ala bilməzsən. Dedim, niyə ala bilmərəm? Mən hər gündə alırım. Dedi ki, mən ayrı yerdə işləyirəm. Orada tükanda satırım bunu. Amma gəlirəm sizdən alırım. Sən burada alsan, rant hesab olur. Çıxsan, nə tərs sənə verməzlər, səni mühakimə elərlər. Sənin haqqın yoxdur buradan alasan. Sənin özünün, ailəvin, xanımın, uşaqların, yaxınların ki vardı, heç birisi buradan latarı alanmaz. Çünki rant hesab olur. Bizim mənə təzalığı var bu sözün. Çünki latarı alanda kimsə nə nömrə, hangi nömrə gələcək bilmirsən ki, onun maşın verir. Xeyr baba, o tür deyil. O tükan sahibine ittilaatlar gəlir ki, hər gün o dəstgah işə başlayanda ona bir ittilaat verir. Ki, məsələn, bu latariden, məsələn deyirəm, 10 dana 1 milyonluq çıxacaqdır. Bunun buradan bir dana 1 milyonluğu çıxıb 9 danası qalır filan şeydə, məsələn, dəstə gəlir da. Bu dəstədə var. Məsələn. Yox, burada yəni bizim yaşadığımız ölkədə mən bilirəm onu, mən üçün bilirəm onu. O bir şey yoxdur. Yox, elə burada da siz deyən sistemdir. Burada da siz deyən sistemdir. Yəni nömrədir, orada nömrə çıxacaq. Amma bu sistemdə bir rant sistemdir. Hər nə qədər deyəmsə bunun içində bir rant var. Kanada dövləti bu qədər ciddi olubdur ki, deyib ki, ağa, məsələn deyir, bir ayrı misal vurum. Mənim qızım, mənim damadım bir dənə şirkəti BİM-də işlir. Mənim qızım o şirkəti BİM-də işləyə bilməz. Özdə ərindən də çox savadı var. O şirkəti BİM-nin heç şöbəsində işləyə bilməz. Özünə şöbə aça bilməz. Niyə? Deyir ki, orada onun əri orada işdir, rantıdır bu hesab olur. Yəni bizim düşüncəmiz rantıdan çox. İndi bu toziklərə baxaraq siz bu sistemə görə rantı və özəlliklə siyasi rantı, idari rantı, yüksəlmə rantı necə görürsünüz parti içində? Bizim partide öyle bir şey yoktu, olabilmez. Yani şəraitimiz de keyfiyyət, kəmiyyət baxımından o səviyyədə deyil. Tamam. Olsun. Ama həqiqətən siyasi rant çok böyük bir dana təhlükəli rantıdır. Yani vardı, çok böyle dünyanın her yerinde yok. Ya antidemokratik ölkələrdə, ya yarım demokratik ölkələrdə rant çox güclücə getməkdədir. Onu bilmemiz lazımdır. Ama bizim partiyə dəxli yoxdur. Çünki bizim partimiz kəmmi və keyfi cəhətdən elə bir səviyyədə ki, siyasi rant ki, əsas mənasızdır, biz orada dəyirik və eyni halda başqa rantlardır. Yəni biz rantdan şeydən uzaq, amma toplumda kaş o səviyyəyə yetişər ki, rant, yəni güclü olaq ki, desinlər bu rantmandır, biz də onun qarşısında dura bilək də. Tamam. Toplumda Güney Azərbaycan təşkilatlarına ailə təşkilatı deyə bir söz yaygındır. Və hətta siyasi təşkilat liderlərinin bəzisi də bu haqda söz aparmışlar, danışıblar, deyiblər. Var. Siz siyasi idari və siz siyasi idari və iqtisadi ailə təşkilatlarına necə baxırsınız? Mən müsbət baxıram. Mən mənfi baxmıram. Çünki bu başlanğıc aşamalıyıq. Biz bir dənə danışığımda bir şey dedim. Biz quruh siyasiyik, hizbi siyasi deyilik. Hizbi siyasi olsaydı, bu suallar verilseydi, bu ailənin rolu təşkilat içində diqqətə alınmalı və incələnməliydi. Amma çünki biz balaca bir quruq, yəni quruq siyasiyik, rant pozisyonları, yəni rant əldə etmə pozisyonu hələ gəlməmişik. Misal vurum. İndi cənabınız məsələn istəyirsiniz gedəsiniz, sizin parti istəyir gedə bir dənə dövlətinin görüşə. Misal vurum ki, şey olur.
Siz partiz deyirsiniz ki, məsələn, baxırsınız, yəni ailə himayət edib gəlmişsiniz üstə. Sizi misal vurmuram. Ha, indi məsələn fikirlərim bir dənə parti vardı da. Ailə qrupudur, ailə üzvü orada çoxdur. Hərəsində bir neçə yoldaşı var. Gətiriblər bir 50 nəfər komitədə gəldilər seçim o şeydə rəy verdilər, siz gətirdilər başına. Siz gedirsiniz o dövlətlə görürsünüz. Siz gedirsiniz o rantı. O rantıdır da dövlətlə görüşmək bir özü rantıdır. Yəni siz bir tanışlıqlar ortaya qoyursunuz. Əgər siz deyən olsa düzdür. Siz deyən olsa, yəni ailə münasibətləri birini qalxıb ora götürüb qoymuş olsa məsələn, düzdür o. O rantıdır. Amma elə bir şey, əməli şey yoxdur axı, təmsili yoxdur bu şey. Yəni indi Güney Azərbaycanda belə bir düşüncə vardı da. Hətta bəzi təşkilatlar mən görürəm, hər yerdə danışanda ki, ailə təşkilatıdır. 4 dənə ailəsi ilə qrupdur bunu. Bilirsiniz, yəni bu böyük bir İslamdır da. Yəni əlbəttə oradan o yəni ailə məsələsi də var. Mənim nəzərimə bunlar yəni məncə üçün orada rantım olsu yoxdur. Baxanda məncə bu ailə məsələsində təbiidir. Məsələn, indi mən siz özünüz aid keçsəniz bir partiyə, çox ehtimal var ki, ailəniz də, xanımız da məsələn, filan da, bəlkə qızınız da, oğlunuz da, məsələn, gedə o partiyada, tuqada ki, deyirsən, sən inanırsan o partiyə, təbliğ edəcəksən ki, oraya yaxşıdır filan, məsələn, çox da, yəni ümumiyyətdə belədir. Ailə, məsələn, bizim yaşadığımız ölkədə ümumiyyətdə ailələrdir, köklü hizblər. Ailələr bağlıdır. Onu mən düşünürdüm. Mən şəxsən Salih bəydən bu sualı soruşandan sonra çox özüm düşündüm. Salih bəyə də yolun dedim ki, bunu nə cür ailə girə bilər hizbə, amma rəy verə bilməz. Rəy verə bilməz. Yəni, rəy vermə haqqın gərək alasan. Çünki əgər rəy vermə haqqın almasan, o ailə üzvü gedər yuxarıya, o birislərdən şans gələr aşağıya, rant olar. Bu məsələ, məncə biraz orası yanlışdır mənim baxış açımdan. O da budur ki, ailə nə qədər olacaq? Bir ailə, məsələn, deyək ki, bir ailə olsun. Bir nəfər də olsa çoxdur. Bir nəfər, bir dənə rəy. Diqqət edin, biz burada quruhi siyasından danışırıq, adını çəkdiyim quruhi siyasında, balaca qrup. Ya yox, bir hizbi siyasi ki, məsələn, 10 min nəfər yüzü vardı. Orada 5 dənə, 3 dənə ailənin təsiri yoxdur, yəni. Bir şeyə. Yəni, böyük köklü partiya. Hətta intixabat-ı riyasət cumhuridə bir dənə rəyin fərqi var. Bir dənə rəyin. Yox, təsiri var. Bilirəm, amma məqsud budur ki, təyin ediləcək təsiri mümkün də olmuyor. Məsələn, sizin partiyalar, məsələn, deyək ki, filan Almanın Sosial Demokrat Partiyasının da məlumdur, minlərcə ailə onun üzvüdür. Amma o deyəsən, üzvlərin, məsələn, ailədən, hər kəs ailədən bir rəy versin, bu əzə qeyri-mümkün. Yox, ailədən bir rəy verməsin. Ailə əgər kandid olursa rəy verə bilməsin. Kandid olursa, məsələn, mən kandid olursam, ailəsi rəy verə bilməsin. Ailəsi rəy verə bilməsin. Ola bilər əsasnamə daxilində qeyd olsun. O şey ola bilər. Amma o da qalıb şəraitə də. Amma sizin səylərsiniz, sizin toziyaz rayət olsun. Biz oraya yetişsək. Acaba bir təşkilatda ailə üzvləri olursa, standartlar qoruna bilərmi? Dinçinə bunu danışdıq. Ailə qalıb da ailə harda necə? Yəni, sırf ailənin olma standartlar qorunmaz, düz çıxmaz. Qalıb kimlə danışıq? Dedək, indi misalımız bıraq, Almanın Sosial Demokrat Partisində ailə çoxdur. Əcəba, orada standartlar rayət olmurmu? O biraz çox böyük bir sorun deyək, yox, olmur məsələn. O Almanın misal bıraq, başqa yerdə də olurdur. Amma məsələn, qrup olsa ki, bu qrupun 10 dənə üzvü, 15 dənə üzvü var, o 15 dənə onu ailədir, orada olmaz. Qrup, yəni balaca qrup. Biz indi balaca qrupları, oradan məsələn deyək ki, qrupun 15 üzvü var, onu bir ailədir, təbii də o 10 dənə təyin edəcək. Ona görə, yəni dəyəri yoxdur bu dəyərləndirmə indi. Məncə siz bu suallar rant məsələsində 50 ildən sonra qeydməlisiniz. Məncə ideolojik məsələdən öndə gələn budur. Çünki insanlar bizi müttəhəm edirlər, yəni bunu deyirlər da, daimən hər yerdə yazırlar ki, əgər ağzı var, gəlir yemağa. Və İranda təcrübədə bunu görsədir ki, məsələn, hökumətə baxırıq, indi İran Cumhur İslami dediyimiz hökumətə baxırıq, bir dənə rant sistemidir, yəni ailə sistemidir. Bilirik ki, məsələn, standartlar heç vaxt dəyişməzlər, idarə ittihadları, yəni nə qədər pis iş görərlər, gedərlər üstə, aşağıya gəlməzlər. Yəni bunu görürük. Qoyun bir dənə balaca təfsir qoyun bu
Əgər ağzı var yeməğa gəlir. Bir təfsir qoy buna. Koyun tamam tabii ki. 3-4 tane cümle diyeyim. O ki yani bu sözler ki ağızlarda vardı ki yani ağzı var gəlir yeməğa. Bu acı təcrübənin maarifləşməmiş bir insan, acı təcrübəsi olan siyasi maarifləşi olmayan insanın sözüdür. Ya bu söz ya. Acı təcrübəsi olan siyasi ağırlığı olmayan adamın sözüdür o söz. Ağzı var gəlir yesin. Yani o özünə də rəsalət qail deyil. Hətta mümkündür bir tarixin bir yerində o yalancı çobana oxşaya bilər. Çünki 3-4 dəvə qışqırır, bunlar cəhbə yeməğa, bunlar cəhbə yeməğa, cəhbə cölə yox, qutdan xəbər yoxdur. Sonra bir dəvə qut gələ yeməğa, gəliblər yeməğa, gözü heç kəs gəlmir. Yəni, bir adam ki, bu deyək, gəlib yeməğa, mümkündür bir yerdə bir demokrat bir dövlət gələ xədəmat edir, amma bunun bu zeyniyyətdə taxınıb ki, gəlib yeməğa, başlaya bir demokrat dövlətin əleyhinə təbliğ eləməğa. Əməldə, yəni, bir demokrat dövlətin ziddinə təbdil olar. Çünki orada naağahlıq faktoru vardır. Acı təcrübə gəlirlə yesinlər, çünki vardılar. Gəlib yemək, tarixən bu vardı, yəni gəlib yemək. Bir yerdə mümkün... Can Bey Şamili, biz gərək onu indidən bağlayaq. Burada usullar götürməklə, elə balaca qruplarımızın içində ya partilərimizin gərək bir usullar götürək. O usul camiədə yetişsin insanların qurağına ki, burada məsələn ailə var, amma əgər mən ailə üzvü olaraq istəyirəm kandida olan, ailəm rəy verə bilməz burada mən gedib. Onun sorusu belə soruşuram. Məsələn, baxın, deyirəm, əcəba bir təşkilatda ailə üzvləri varsa, yüksəlmək imkanı onlarla, onlar ki, ailəsi yoxdur. Onların arasında bərabər şans var mı? Qəşəng sözdür. Yox, cavabı yoxdur. Bərabər şans yoxdur. Amma siz buyursan da bu ailə məsələsinin rantın meydana gətirməklə, yəni Azərbaycan təşkilatlarına qarşı biraz təzyiqat yaparsınız. Okeydir. Mənim nəzərimdən okeydir. Çünki Azərbaycan təşkilatı, ailə təşkilatı əgər olmuş olsalar bundan çıxmalıdırlar. Yox. Hə, tamam. Ona istəyirəm deyim ki, yəni bu sualların hamısı verməkdə hər kimsə qulaq atsa, görəcək ki, Azərbaycan təşkilatları ailə səviyyəsində bir təşkilatlar, 10-15 nəfərdilər. Ona görə bu sual verilir. Yoxsa bir dönə təşkilatın ki, məsələn, milyon tərəfdarı vardı, ona da bu sual vermək olmaz ki. Okey, əvəzinə bu cürsü də baxın. Yox, o cürsü deyil. İttifaqət onlardadır çox. Mən misal verdim, biləcək Kanadanın latari sistemindən misal verdim. Biləcək Kanada sistemində latari sistemi, məsələn, deyək ki, 1 milyon furuşqağı var. Məsələn. Amma bu 1 milyon furuşqa az deyil ki, sizin partinin, məsələn, partilərin, məsələn, Kanadada heç partinin 10 min nəfər üzvü yoxdur. Kanadada. Heç partinin 10 min nəfər üzvü yoxdur. Məsələn, yap böyük partinin bəlkə 300 nəfər, 400 nəfər üzvü olar. Yap böyük, indi dövlət əlində 1300 nəfər, 400 nəfər üzvü var. Qalanı yoxdur. Qalanı həvadardır. Sadəcə gedib rəy verərlər. Onlar içəridə gedən məclisi idarələr, nə bilim, dövləti idarələr, olardılar. Yəni, çox yoxdur. Onu da hər iyalətdə, bu cür deyil ki, kolli məmləkəti idarə eləsin. Hər iyalətin özünün partisi oranı idarə edir. Məsələn, mən olduğum iyalətin partisi əslən qonşu iyalətdə getsə casus olaraq tutulur. Kanadada futbolda belə casus tutdular. Dedi ki, bizim bir qonşu iyalət var. Qonşu iyalətdə bizim iyalətin casuslarını tutdular. İttilaf məmurlarını tutdular ki, bunlar gəliblər bizim burada timimizdən casusluq edirlər. Ya, bu qədər mühüm. Yəni, bu cür deyil ki, deyəsiniz, tamam, bu adamı buradan götürürük, məsələn, Ontario'dan götürürük, qoyarıq British Columbia. Əslən imkanı yox. Orada mənim tavsiyəm ki, federalizmi qəşəng öyrənin ki, sabah şərait yarandı, İran, Azərbaycan'da... Buranın federalizmi çox məhşər bir federalizmi var. Siz dünən danışanda mən ərz elədim da, sizin federalizmin oradır. Kanadanın federalizmi fərqli bir sistemdir. Çox da ziddi şeydir. Ziddi rantıdır. Yəni, əcib ziddi rant bir sistemdir. Deyir ki, siz burada heç cürə imkan verməyəcəksiniz. Məsələn, rantilərdən biri nə idi? Bizim bu indiki cavan vəzirimiz var, Prime Minister. Məsələn, bunun dədəsi 30 il bundan qabaq vəzirmiş da, pulların üstündə əksi var. Məsələn, onun gətirməlində bir dünya söz çıxdı ki, dədəsinin etibarı ilə gəlir, öz etibarı ilə gəlir. O bir rantıdır. Yəni, bəhsi çıxdı. Bizim ailə o Riza Pəhləvini vurdum, elə ondan ötürdü ki, dədəsi şahdır. Dədəsi şahmış, indi onun opozisyon ondan ötü istifadə edir. Onun adı mətrəhdir. Elə dədəsi şah olmasaydı,
Dədəçi olmasaydı o kim adını seçilərdi? Yəni Rantıdır. İstəyirəm bunu ərz edirəm ki, biz rantı partidən öncə düşünməliyik. Çünki əgər bizim millətimiz desələr ki, bunlar gəlirlər yeməğa, o partinin quruşunda görəcəklər bunu. Biz bundan çıxartmalıyıq bunu. Bir vəziyyətə salmalıyıq və millətə tozif vermək üçün burada nədir? Hər halda sizin təşkilatda qutulur. Bu rant bölümünü qutarıram. Sizin təşkilatda üyələr arasında güvən sistemi necə yaranıb qorunur? İndi bu rantıdan sonra güvən sistemi gəlirdi ortaya. Mən sizə necə güvənim? Yəni güvənc, yəni cavabım yoxdur həqiqətən. Təcrübə, yəni o şey ki, mən indi özüm görürəm, təcrübə və tarix əsasında güvənci yaranır aramızda. Yəni bir təcrübə, başdan bir tariximiz var, bir uzun zaman birini tanıyırıq, sonra da onu yaşamda təcrübə edirik və o əsasda bir güvən sistemi qururuq özümüzə. Və elə bizim ittilaati təşkilatımız yoxdur ki, Sazman Əmniyyətçilik təhqiq eləyək, çox çətin məsələdir. Elə dəqiqən bu fürsətdəndir ki, rejimlər eləyə bilirlər, istifadə eləsinlər, məsələn, bu təşkilatlara casusluq göndərsinlər. Çünki bu təşkilatların o gücləri yoxdur ki, araşdırsın, hər təhqiq eləsin filan. Yəni, mən eləyə bilirəm, bir daha təcrübədən, boş ver, o işlədir. Tamam, mən indi getirəm o birisi bölümə, elə həman bölümün davamıdır, amma fərqli. Sizin təşkilat hangi qanuna dayanır? Siz dünəndən İsrail Cümhuriyyəti bir dana deyirsiniz, yasal zəmin və yasal olmayan. Yasa dışı. Yəni, qanuni, qeyri-qanuni. Sizin təşkilat hangi yasa, qanuna dayanaraq yaranıbdır? İran qanununa, Fransa qanununa, Japon qanununa, hara qanuna dayanaraq yaratmışsınız? Bizimki, yəni İsveçin çərçivəsində olan qanuna dayanaraq da biz yaşadığımız ölkədə dayanaraq. Yəni qeydiyyatdan geçib. Tamam. Sizin təşkilat... Onun əlbəttə cüziyyatını mən bilmirəm, amma onu məsullardan soruşmaq, məsul təşkilatdan soruşmaq lazımdır, amma bilirəm ki, bir şey olur. Tamam, siz buyurdunuz sizin təşkilat yaşadığınız ölkənin qanunları əsasında. O birisi sualı soruyor. Sizin təşkilat hangi ölkə qanunları əsasında çalışır? Yaşadığımız ölkələr da biz bir təşkilat bir ölkədə deyirik ki, biz bir neçə ölkədəyik, o cümlədə sizin ölkənizdə. Axı, nəcür çalışa bilirsiniz? Neçə məmləkətin qanunu ilə ki, ola bilər bir-biri ilə ziddi olsun, nəcür çalışa bilirsiniz? Bizim çalışmamız hamısı beynəlxalq hüquq, yəni uluslararası hüquq əsasında çalışmadır. Nə ölkələr arası qanunda, yəni əlbəttə ölkələr arası... Əlbəttə öz olduğunuz torpaq da qanunları əsasında yaratmışsınız. Ola bilməz ki, orada yaradarsınız. Yox, qeydiyyatdan geçmə. Qeydiyyatdan geçmə ölkəmiz olur. Yoxsa fəaliyyətlərimiz bu ölkələrdə uluslararası hüquq nə vardır ki, ümumiyyətlə o hüquq bu dövlətlərin tərəfindən rəsmiyyətə tanınır da, demokrat dövlətlərin tərəfindən. Tamam yəni uluslararası hüquq tüm bu dövlətlərin tərəfindən rəsmiyyət tanınır. Bizim də fəaliyyətlərimiz o çərçivəyə, o zəminə, o yerə oturur. Yəni beynəlxalq hüquqa yetirir və hər yerdə olsa biz fəaliyyətimizi edə bilərik. Bir də bizim fəaliyyətlərimizin sistemi, yəni o cür təbliği, o təşviqi fəaliyyətlərdir. Yəni o mənada siyasi fəaliyyət ki, biz camiəni, burada bizim yəni buranın siyasətindən işimiz yoxdur ki, bu mənada burada, məsələn, deyək ki, bu məmləkətdə parti qururuq, gedək məclisə. Belə bir şeylə işimiz yoxdur. Ona görə daha çox yəni uluslararası hüququn zəminində yerləşir bizim fəaliyyət formamız, siyasi fəaliyyət formamız. Və o hüquqda rəsmiyyətə tanınıb bu ölkələrin hamısında. Ona görə bizə bir irad eşqal, yəni heç zaman bizə bir problem gəlməyib fəaliyyətə. Sizin təşkilatın siyasəti... Ələl xüsusi üçün biz istiqlal tələb deyirik. İstiqlal tələb olmadığı yerdə sən rahatca fəaliyyət edirsən. Amma istiqlal şüarı verdiyində otduğun məmləkətdə əgər sən ciddi fəaliyyətin olursa, o məmləkət deyəcək ki, qardaş, dayan, nə yapmaq istiyorsun? Ona deyəcəksən ki, mən istəyəm İrandan məsələn bir bölümü ayrım deyəcək, tamam, bizim dövlətimiz o işi izni vermiş, qanun izni vermir bizə, sən burada fəaliyyət edirsən ona. Bunu diqqət mərkəzinə
vəzn alın, sonra o istiqlal yanına yetişəndə Aslında hüquqi federal cəhətdən məsələsi də cürdür da. Yəni federal da ayrıdır. əsla, İran əsla, heç əsla, heç əsla. bir dövlət o birisi dövlətin iç məsələsinə daxil olmağa icazə vermir. Yox, daxil Qanunən. olmaq Yəni məsələsi deyə deyil. bilməz ki, mən orada federal üçün ya istiqlal üçün. İndi Hər siz- ikisi o bir məmləkətin dənə- iç məsələsidir. İndi sizə istiqlal gələndə sizə bir yol göstərəcəm. Yəni test yolu, test. Tamam. Ki görəcəksiniz ki, istiqlal şüarıyla fəaliyyət eləmək olmaz. Testi deyəcəm, siz özünüz gəlib test edib verəcəksiniz. Tamam. Görəcəksiniz ki, testini Sualı göstərir ki, soruşum. olmaz. Onu Tamam. danışarıq orada. Sualı soruşum. Sizin təşkilatın siyasətləri hangi ölkə və hangi qanunların əsasında dəyişə bilər? Dəxli yoxdur, yəni ki, ölkəyə dəyişilə bilir. Nə tür yəni? Bir əsasnaməzi dəyişdirəsiniz, bir bunları hangi ölkənin qanunları çərçivəsində dəyişdirə bilərsiniz ki, qeyri-qanuni olmasın? Məsələn, sizin əsasnaməz İran dövlətinin qanunları ilə qeyri-qanunidir. Bəli. Bizim dedim, bizim fəaliyyətlərimiz hamısı yəni uluslararası hüquqa bağlı bir şeydir və oradan xaric bir fəaliyyət bulunmuyor. Yəni hüquqi fəaliyyət üçün deyir. Yəni uluslararası hüquq fəaliyyət çərçivəsində orada hər hansı bir dəyişiklik. Siz axı hüquqi təşkilat dərsiniz, siz siyasi təşkilatsınız. Bizim siyasi təşkilat müəyyən zəmini hüquqda da fəaliyyət edir. Bəhərhal bizim indi gedib bir məclis nümayəndəsini danışaq, bir vəzirlə danışaq, siyasi bir partiya kimi gedib danışaq da. Tabii siyasisiniz, yəni hüquqi deyilsiniz. Siz gedib difa eləmirsiniz. Məsələn, mən bir müttəhəməm ya bir mücriməm, ondan gedib difa eləmirsiniz. Yox, siz hər fəaliyyət bir zəmin hüquqsu olmalı. Siyasi fəaliyyətdə də zəmin hüququ lazımdır. Məsələn, insan haqları bəyannaməsi bir ölkədə qəbul olmağı lazımdır. Sən orada eləyə bilirsən, fəaliyyət siyasi edəsən. Yəni, azadi bəyanın ola, azadi təşəkkülün ola. Yəni, oradakı bir məmləkətdə insan haqları rəsmiyyətə tanınmıyorsan, orada fəaliyyət eləyənməsən. O hüquqdur. Tamam. Yəni, hüquq olmağı lazımdır bünyədə ki, sən fəaliyyət siyasi edirsən. Sən fəaliyyət siyasi hansı zəmin hüququdur? İnsan haqları bəyannaməsidir. Sən haqqı fikri daşımağın var, haqqı təbliğin var və haqqı təşkilat düzəltmən var, məsələ. Və başqa sevdim. Sizin təşkilatın yazılı məramnaməsi var mı? Var, bəli. Var, elə adını çəkdiyim səhifəmizdədir. adparti.org ya da ki birlik.se. Tamam. Yol xəritəniz var mı? Yol xəritəsi adında bir sənədimiz yoxdur. Amma bizim Nə cür gedəcəyik? Bu məqtədən nə cür gedəcəyik federalizmə İranda? Bunu bir tərsim eləmişsiniz, görsətmişsiniz, pillə-pillə bir sənədli birinci, yəni o sənədin haqqında o sənəd bizim əsasında məramnaməmiz dəyişildi tazalıqda, yəni tazalandı və istilah. Keçən məramnaməmiz ki durur, onun son iki bölümündə o yol xəritəsini tərcüm edir. Keçən məramnaməmizin iki sol bölümü, məramnamənin ikinci, yəni ən son iki bölümü siz deyən xəritəni təyin edir. Kimlərlə etilaf eləyəcəyik, hangi siyasəti quracağıq, hangi hədəfə gedirik, kimlərlə gedirik və belə bu şeylər, suallara cavab verilir. Gözəl. Sizin təşkilatın məramnaməsi millətimizin oxumasına açıqdırmı? Yəni o... Bəli, əlbəttə. Hər kəsə açıqdır. Farsi və türkçə vardır. Çox gözəl. Düşüncə olaraq hangi düşüncə və fəlsəfəni ya ideolojini mənimsəmisiniz? Bilirsiniz, bugün dövlət quruluşu, bunda indi gəldik bura, bunu biraz izah edək, biraz aydınlaşsın. Bugün dünyada yalnız bir dövlət quruluşu var. Liberal demokrat dövlət quruluşu var. Liberal dövlət quruluşu var. Dünyada odur. Amma dedim, bizim liberal demokrat dövlətin quruluşunun tərəfdarıyıq. Amma hizb olaraq, yəni sosial demokratıq və liberal demokrasi anayasasına sosial demokrasinin düşüncələrini, bir sosial dövlətin düşüncələrini, ədalətpərvərliyin, eşitliyin, eşit imkanın olmaq, o yükləməliyik liberal demokrat sistemin anayasasına. Mesela indi deyək ki, o imkanlar ki,
İsveç'te var. Misal vura bilər. Sizin üçün cəlib də ola bilər. Yəni maraqlı ola bilər. Mesela burada liberal demokrat bir ölkədir İsveç. Mesela İngilizistan da liberal demokrat bir ölkədir. Yani kuruluş dünyada budur. Ama mesela diye de sosyal sahədəki yardım burada daha çok sosyal demokratiktir. Ama İngiltere'de daha çok liberaldır. Şimdi size onun misalı vururum. Mesela benim kızımın uşağı oldu. Burada İsveç'te yaşasaydı 12 ay işinden aylık verəcəkdilər, oturacaqdı, uşaq saxlayacaqdı. Çünkü sosyal demokratik düşünce esasında kurulubdu. Ama İngilistan'da ya İngiltere'de 3 ay 3 ay oturabilirsin. Yani 3 ay uşağı değil ki 3 aylıktan bahçeye koyman lazım. 3 aylık uşağın bahçeye koyman olur. Ama burada o sosyal demokratik endişenin esasında 12 ay hatta müəyyən şərait olursa 18 ay. Yani 1 il yarım ana uşağın yani 1 il ana kalır 6 ayda ata kalır uşağın yanında. Ve bu vasıtayla uşaq biraz böyüdəndən sonra bu baxış artım başlayır. Yani istəyirəm deyim ki sistem liberal demokrat sistemdir. Ama o liberal demokrat sisteme sosyal demokratik düşünceni yükleme anayasasına bizim maksadımızdır. Çok güzel. Sizin təşkilatın fəlsəfəsi nədir? Fəlsəfə cəhətindən ideolojik mənsurdur da. Yəni biz humanistik. Humanistik əsasında. Əsasında biz humanistik. İnsancıra, insancı. Ama o humanizmin üstüne siyaset bakımından demokrat ya liberal. Çünkü biz liberalizmi siyasi azadlık siyasi sahədə dəstəkləyirik liberalizmi. Yani azadlık yani her türlü azadlık ama liberalizmi iktisadi sahədə biz dəstəkləmirik. Orada sosyal demokratik düşüncemiz vardı iktisadi sahədə. Yani ədalət iktisadının bərqərar olmasının tərəfdarıyıq. Ama ideolojik olarak umumiyette biz sosyal demokratik düşüncemiz var. Güzel. Mənaməmizin en önemli konusunu buyurar mısınız nelerdir? Ve bir şey için işaret etmişim ama tekrarında zərəri yoktur. Bizim kurucu babalarımızın hamısı da sosyal demokrat olublar. Atatürk Buyurmuşsunuz. Ve Mehmet Emin Rəsulzadə ve pişələri. Hamısı sosyal demokrat olub. Bunu bilmemiz lazımdır ki biz bugün hangi ideolojiye dayanırıq ve onun tarihi var bizim xalqların tarixində. Kurucu babalarımız. Doğru. Mənaməmizin en önemli konuları nedir? Onu neye soruşsun benden? Yani əmərnamə hər zadın haqqında yazır da. Məsələn, en önemlisinin 3 tanasını deyin. Mənamənin en önemlisi xalqımızın yani bu daxili istimara məruz qalmış durumundan o xalqı İranda başqa xalqlarla eşit hüquqa malik etmə. Və o eşit hüquqa malik etmə deyəndə xalqımızın yaşadığı bölgədə özünə malikiyyət, yəni hakimiyyət qurma, dövlət qurma Azərbaycanda ya Türklərin yaşadığı bölgədə. Bu yalnız dedik Azərbaycan deyil da Tehran, Kərəc və ondan sonra başqa bölgələrdə Türklər yaşanır. Bu vasitə ilə bu xalqı başqa xalqlarla eşit, bərabər duruma gətirmə və bu xalqın saadəti, yəni daha siyasi, iqtisadi ilə irəliləməyə doğru götürmə. Yalnız yəni o durum hakimiyyət qurma deyil, yəni bir insani, iqtisadi cəhətdən, teknoloji, elmi filan cəhətdən tövsiyə lazımdır ki, o insan elə bizim rifahı və saadət deyəcək. Sağ olun. Teşekkür ederim. Daxili istimardan mənsurunuz nədir? Bildiğiniz kimi yani dünyada iki tür istimar ya sömürgəçilik var. Biri iç sömürgəçiliği var, biri dış sömürgəçiliği var. Ya daxili istimar ya xarici istimar. Mesela İngiltere'nin gedib Hindistan'ı işgal edibdi. Oranın imkanlarından istifadə edib gətirib İngiltere'nin barındırmasında istifadə etmə. Ya Fransa'nın mesela Əlcəzairdə bulunması ve oranın Əlcəzairin qaynaqlarından Fransa'nın tövsiye iqtisadi siyasından istifadə edilmək, yani xarici istimar dahadır. Bir daha ayrı istimar var, daxili istimar. O daxili istimar yani
Üzr istəyirəm. Xahiş edirəm. Mən bilmirəm neçə saat mənim danışdığımsan ki, bu günə düşmüşəm. Danışamıram. Hələ bir şey olmayıbdı. 2 saat olmayıb. Saat indi 10'dir. Biz de 8'de başlamışıq. 8'de kalan başlamışıq. Yani 2 saatı getirib 2 saat yarım olur. Tamam. Herhalde. Yani ama daxili istimar deyəndə bir ölkə içində fərqli xalqların yaşadığı bir durumda İran kimi bir xalqın adı və pozisyonu ilə başqa xalqlara qarşı ayrı seçkilik, başqa xalqlar ayrı seçkiliyə məruz qoyma tamam sahələrdə, siyasi, iqtisadi, fərhəngi filan o iç sömürgəçilik ya daxili istemardır mənası. Tamam. Bunu deyəndə bir xalqın özəlliyinə dayanmağa burada biraz diqqətli olmalıyıq. Yəni məsələ İranda dövlətin mahiyyəti farisidir. Farisi bir mahiyyət dövlət daşıyır etnik cəhətindən. Amma o demək deyil ki, yəni farsların seçilmiş dövlətidir. Çünki bildiyimizə və gördüyümüzə görə farslar da bu dövlətlə, yəni bu istibdadi mahiyyəti ilə savaşmadadırlar. Amma bizlə Fars toplumunun, Fars xalqının mücadiləsi bu rejimlə fərqi buradadır ki, onlar yalnız bu dövləti demokratizə etmək üçün savaşırlar. Bu hakimiyyəti. Bir demokrat dövlət, bir demokrasi istəyirlər. Biz isə, yəni qeyri-Fars xalqları isə iki hədəf daşıyır bizim mücadiləmiz. Bir, bu sömürgüçülüyə, iç sömürgüçüliyinə ya iç daxili istimara son qoyma, ayrı seçkiliyə son qoyma, eşit bərabər haqq qazandırma. O da bizim xalqların öz bölgələrini idarə etmə vasitəsilə mümkün olacaqdır. İkinci aşamada demokrasi məsələsi. Yəni daxili istimarla mübarizə ki, Fars xalqının mücadilə məsələsi deyil və ikinci aşamada demokrasi üçün mücadilə. Yəni Fars xalqı ilə orada hədəf birdir. Yəni İranın bugün əsas məsələsi demokrasidir. Niyə? Keçən 100 ildə istibdad var. Bu istibdad aradan qaldırılmalıdır. Bunda bu istibdadın qaldırılmasına Farsların yalnız bir demokrasi qurulsaq deyə həll olar deyə düşünürlər. Amma biz onu elə düşünmürük. Biz düşünürük ki, bir aşamada geçmək lazımdır. Qeyri-Fars xalqlar əvvəl bərabər haqqı sahib olmalıdırlar. Öz bölgələrini idarə etmə haqqlarını tapmalıdırlar və bu mənzərdən, yəni bu yerel dövlətlərin bir araya gəlməsi ilə İran dövlətini qurmağa çaba göstərilməlidir. O dövlət demokrat dövlət ola bilər deyə düşünməliyik. Sağ olun. Sizin təşkilat vətəni necə tanımlır, necə tərif edir? Yəni vətən nədir sizin təşkilatın anlamında? Bir insanın və ya bir cəmin ya bir millətin, milliyyətin, etnomillətin müəyyən bir siyasi, müəyyən bir coğrafiyada doğulub, boya başa gəlib və orada yaşadığı sürəcdə o doğulduğu, boya başa çatdığı və yaşadığı bölgə və ya toprağın adı vətəndir. Üzr istəyirəm, baş tapmadım. Mənə biraz şey gəldi, yəni qaçışır. Bir insanın və ya bir insani qurğun, adını qoymayaq, məsələn, türk ola bilər adı. Yəni bunun tarixən bir müəyyən toprakda doğulub, orada boya başa çatıb və yaşamağı üçün o yaşadığı topraklar ona vətən sayılır. Məsələn, türklər bir bölgədə tarixən bir bölgədə yaşayıb, doğulub, böyüyüb, yaşam təcrübəsi ediblər və onların acılarını, dərdlərini, kültür birliyini filan yaxın bir əlaqədə və ilişkidə formalaşdırıblar. O toprak orada yaşayanlar, insanların vətəni sayılır. İndi o tarixən ki, işarə edirsiniz, o kəlmənin üstündə dayanırsınız, o mənzuli nə müddət hesab olur? 100 il, 200 il, 500 il, 1000 il, 10.000 il, nə qədərə deyirsiniz tarixən? O tarixin adını çəkmək olmaz, o tarix bir hissi bir şeydir. Yəni, bu çox uzun tarixin əlbəttə söhbəti olmağa lazımdır. Yəni, dünənin büyünün söhbəti deyil o məsələ. Yəni, bir uzun tarixdə bir hissin formalaşmasıdır. Yəni,
bir kültürün, bir dilin. Yani orada yalnız mesele Bu sualı niye soruşturam? Bu sualı buna görə soruşturam ki, məsələn indi Kürdistanla bizim bir müşkülümüz vardı ortada. Mesela iddia bəli, ərzi var. bəli. Mesela onlar deyirlər ki, budur. İndi biz burada nə müddət zamanı tarixən hesablayaq? Deyək ki, bu müddəti tarixidə bu hissi vətən olar. Yoxsa məsələn, Cənab-ı və mən köçmüşük Kanadaya, Amerikaya, Avropaya, hər yerə ya. Biz də burada məsələn mümkündür ki, bir 30 ildən sonra, 50 ildən sonra bir hissi vətən gələ bizə. Mümkün də gəlməyə. Məsələn, Onun cevabı buradadır. Onlar ki o Kürtlər ki Azərbaycanda yaşayırlar, uzun zaman hissi vətən edirlər ki, bura mənim vətənimdir. Onda irad yoxdur. Yəni mənim özünün vətəni bilə bilər. Amma orada o yaşadığı yer Azərbaycandır veya Kürdistandır diye o başka şeydir. Mesela dünyada belə bir şey yok ki deyəsən bu Kürdistandır, bu Kürdistanda fərq Kürtlər yaşayırlar. Bu gün Kürdistanın elə bir bölgəsi Türklərdir. Qələb Türkləri. Onlar elə yaşadığı yeri özlərinə vətən bilirlər xərəclər. Amma ora Kürdistan bölgəsinin içində yerləşir. Yəni ora sabah dövlət qurulanda Kürdistan dövlət qurulacaq. O xələc xalqı, Türk xalqı da o bölgədə elə yaşadığı yer özünə vətən biləcək. O vətən də hardadır? Kürdistandadır. İndi Urmiyədə yaşayan Kürtlərdə bu cürsüdür. Yəni Urmiyədə çünki çox uzun zaman yaşayıblar. Diyaqda məsələn, əlbəttə bilirik ki, Urmiyə savaşından sonra, Ərəb savaşında o Ələbçədən sonra çox hücum yəni gəldi və sayı çoxaldı. Hələ onu gözdən ataq, amma deyək ki, burada yaşırmışlar, çoxdan da yaşırmış, Urmiyədə yaşayıblar, Yaxoyda yaşırmışlar uzun zaman da elə buranı hissi vətən edirlər. Tamam, hissi vətəndir. Amma bu hissi vətən Azərbaycanın içindədir. Yəni Kürdistan deyil bura. Bura Azərbaycandır. Burada uzun yaşayıb və vətəni də bura. Oraya vətəni də ora var. O tarixənin üstündə danışıram ki, yəni məsələn, indi iddia eləyə bilər ki, bura Kürdistandır. Mənim vətənim, mən Kürdəm, burada da doğulmuşam, burada mənim vətənimdir, bura Kürdistandır. Bunun qabağında bir dənə Türk deyə bilər ki, yox, məsələn, Sənəndə Türkistandır, məsələn. Burada o sizin o ülkəyə istəyən ki, orada mənim danışıqlarım da var o sahədə, ona həttən qulaq asmanız lazımdır, sonra göndərirəm sizə. O vüzusudur. Baxın, biri gedib bir başqa toprakda yaşayır, yazın tarixən başqa toprakda yaşayır, bəli o bu toprağın azınlığını təşkil edir. Amma o toprakda yaşır. Məsələn, indi Ermənilər Azərbaycanda yaşayırlar. Azərbaycan Cumhuriyyətində. Amma o Azərbaycan olan vətənidir. Məsələn, deyək Qarabağda daha çox mütəmərkizdir. Tamam, Qarabağ da olan vətənidir. Qarabağ da Azərbaycanın bir bölgəsidir. Əməldə, yəni siyasi cəhətdən, vətəndaşlıq cəhətdən o Azərbaycan onların ölkəsidir. İndi o vətən adlandırırlar, ölkə adlandırır, nə adlandırır adlansın, amma yaşadığı yer onların vətənidir. Və amma oranın adı da Azərbaycandır. Yəni burada bir münaqişə yoxdur. Yəni bu məna deyil ki, məsələn, deyək, məsələn, bir Erməni, ya bir Kürd, ya bir Türk gedə bir yerdə yaşaya bilmir, ondan sonra ora, nədir, onda... Sualı ayrıdır, mətrəh edeyim, buna cavab alaq. Qoy bunun cavabı qutulsun, qoy bunun cavabı verin. Onu başlattım. Onu mən anladım, fikirlərim ki, qulaq asanlarımız da anladı. Amma icazə buyurun, çünki bu açılar. İndi fikrin ki, Ermənistanda, İrəvanda və ayrı yerlərdə Türklər var idi 150 il bundan qabaq. Çox da var idi. Bizim yazarlarımıza görə. Bəli. Amma 100 ildir onlar oradan çıxıblar, amma hisli vətən var ora. Və oranı Azərbaycan bilir. Hətta Azərbaycan qərbi, Batı Azərbaycan bilir. İndi bura sizin tərifinizdə ora Türk vətəni olur ya. Baxın, burada bir dənə ayrı mövzu gəlir aslında. Tarixi topraklar, etnik topraklar. Bu gün o, yəni dərvaqə Ermənistanın çox bölümü, İrvan özü də, İrvan xanlığı falan çox tanınmışdı. Ora tarixən Türk toprağı sayılır. Yəni tarixən Türk toprağı. Amma bu gün siyasi dəyişikliklər və beynəlxalq hüquq dövlətlərin quruluşundan sonra vəziyyət dəyişilmiş durumdadır. Və Azərbaycan dövləti Ermənistan dövlətini bir dövlət kimi rəsmiyyətə tanınmış bir durumdadır. Əgərsə belə bir rəsmiyyət tanınıbsa... Amma sizin tərifinizdə, yox, indi sizin tərifinizdə ora Azərbaycanlıların vətəni olur ya yox? Yox. Tarixən vətəni olur, amma bu gün, əlbəttə nə ki, baxın, Ermənistanda Türklər də vardılar, indi bilməm vardılar, yoxlar. Eşitmişəm ki, oradan hamısı qaçmışdılar məcburən.
Məsələn, bu Zahirən 3-4 nəfər var. Zahirən Qarabağ savaşında mesela Ermenistan'dan şeyleri Azerbaycan'dan hamısı ötürüleşe, Türklerin hamısı ötürüleşe bir cür karşıtılar filan elədilər. Ama bir sene Ermeniler Azerbaycan'da kaldılar, yaşadılar, indi de yaşayırlar filan, vardılar. O göstərir ki, mesela təhəmmül Azerbaycan toplumunun, Türk toplumunda daha derecesi yükselmiş. Yani onlar kalırlar burada. Təzyiqat filan da vardı, savaşlı vardı. Ama herhalde yani indi orada yoktular. Ama tarixen orada var. Tarixen orası Azerbaycan toprakları, Türklerin toprakları. Mesela İrvan xanlığı, onu ne desen, Müzəffərəddin Şah Avrupa məlçeyindən gələndə, yəni görüşündən qeydəndə gəlir İrvana. Orada yəni, müstəqil olur. Orada deyirlər ki, bir nəfər burada var ki, İranlı da gəlib bura şey edir burada. Mədrəsə qoyub, yeni mədrəsə qoyub. O kimi də Təbrizli Həsən Rüşdiyyə idi. Deyirlər ki, o mədrəsə qoyub deyim, bundan danışın gəlsin, İranda məsələn bu işi görsün. Müzəffərəddin Şah Həsən Rüşdiyyəni görür və dəvət edir gəlsin. Diqqət edin, Həsən Rüşdiyyə İrvanda mədrəsələr qurmuş olmuş. Yəni orada türklər yaşamış o zaman. Yəni indi siyasi dəyişikliklər və yavaş-yavaş ermənilər... Sualım budur. Sizdən budur ki, əcəba siz İrəvanı, Türk vətəni bilirsiniz ya yox, o vətən anlamında, tərif vətən. Demirəm siyasi olaraq hangi dövlətin içindədir. Vətən bilirsiniz ya yox. Mənim cavabımın suala budur. Əgər orada bugün bir Türk yaşayırsa, oranın özünə vətən bilə bilər. Dəqiqən necə ki, bir Kürt Azərbaycanda yaşayırsa, oranın Azərbaycan vətən bilə bilər. İndi hüquqi dəyişiklik... İndi baxın, qoy bir ayrı cür deyim bunu. İndi mən oradan köçmüşəm o davada, İstalin dövründə məcbur eləyiblər, köçmüşəm, gəlmişəm Təbrizə. Adım da İrəvanidir. Elə adlarımız Təbriz doludur da, Azərbaycan dolu İrəvanilərlə. Çoxlu. İndi istəyirəm görüm sizin tərifin üzərinə. Ora mənim vətənimdir, durum gedim vətənimə. Orada yaşayın. O olmaz. O siz deyən vətən, ora tarixi vətəndir. Yəni indi də vətən deyil. İndi siyasi coğrafiya və siyasi hüquq oranı Ermənistanı bu ünvanı bir dövlət rəsmiyyəti tanıyıb. Azərbaycan da oranı rəsmiyyəti tanıyıb. Türkiyə də oranı rəsmiyyəti tanıyıb. Yəni hüquqi cəhətdən ora Ermənistandır, Azərbaycan deyildir. Yox, baxın. Bu cürsə qoyun deyim. Amma tarix, baxın, qoy bir dənə sizə, mən bilirəm, siz deyirsiniz ki, biz bu gün oranı özümüzə vətən, o olmaz. Yox, o şey deyil. Yox, onu demirəm. Mən o sualıma diqqət edin. Tərif vətən də oldu. Vətən bir Türk toplumun bir yerdə tarixən yaşaması və ora vətənin kimi hiss eləməsidir. Mən oradan qaçmışam, gəlmişəm, bura məcbur olmuşam, ölümdən qaçmışam da. Amma ora vətən hissim var. Baxın, dövlətləri qatmadınız tərifdə, ona görə soruşuram. Dövlətləri satma, o vətən anlamında dövlət demədiniz. Dediniz bir qrupun tarixən yaşamı. İndi deyirəm, mən oradan qaçmışam, gəlmişəm. Əcəba sizin tərixdə ora mənim vətənimmi? Demirəm ki, o dövlət mənə icazə verər ya yox. Amma məsələn, ora mənim vətənim hesab olurmu? Çünki mən oradan mən ona qoyuram, siz bunu diqqət eləmişsiniz. Tarix, baxın, bir Azərbaycan tarixi var. Tarixi Azərbaycan. Sınırları çok geniştir. Bir Azerbaycan etnik var. Sınırları ondan kısıtlıdır. Yani bu Azerbaycanın bir bölümüne farslaşıp dilləri dəyişibdir. Hatta bugün biz bilmiyoruz ki Qəzvin mesela Azerbaycan değil. Yani Qəzvin bugün xalqı Azerbaycan üstünde olmak ister ya Tehran üstünde olmak ister mesela. Mesela. Halbuki tarixen o bölgeler Azerbaycan tarihi topraklar sayılır. Yəni, tarixi torpaq sayılmaq bu mənada deyil ki, bugün etnik torpaqlarda təşkil edir. Sən elə deyirsən ki, bugün nə? Biz bura Buqqədəydik. Etnik olaraq artıq Türklər yaşayırdı. İndi amma Türklər biraz içəridə burada yaşayırlar, orada yaşamırlar. Tarixən bizim vətən torpağımızda, amma bugün etnik Azərbaycan daha bizim üçün önəmlidir. Yəni, orada Türklər yaşayan bölgələr bize önəmlidir. Baxın, siz burada bu tərif eləyəndə siyasəti daxil edirsiniz. Deyirsiniz, siyasi bir varlığın içində vətəndir. Siz bu tür tərif edirsiniz. Yəni, mən sizin tərifinizdən belə çıxadıram. Amma o tərif ki, mənə verdiniz öncə, dövləti, siyasəti, siyasi sınırları salmadınız hesaba. Demədiniz ki, siyasi sınırın içində yaşadığı yer. Onun üçün mən burada deyirəm ki, əcəba İrəvan mənim vətənim olur, çünki orada dövləti hesaba salmırıq. Deyirik, dövlətsiz görürük dünyanı.
Burada sizin tərifinizdə dünya dövlətsizdir, hər kəs hər yerdə yaşırsa, qalırsa, ora onun vətənidir. İndi bir sınır, sonra sınırdan danışır. O sınır ayrı bir şey. Siyasi sınır ayrı bir şey. Çünki sabahları değişə bilər. O bir ayrı bir şey. Amma siz tərifinizdə acaba İrəvanı mənim vətənim görür müsün? Yox, səninki vətənin deyil, sən Təbrizlisən və ya oralısan. İrəvandan gedənlərin vətənidir. Dağlıyam, Qəradağlıyam. İrəvanla mənim aramda 20 kilometr fasilə var. 20 kilometr. Ya hər halda 20 kilometr az bir şey deyil. Qulaq as. Yəni İrəvanda yaşayan türklər Qəbirə Azərbaycana qaçqın düşüblər. Qaçqın. Onların halən vətənidir, heç bir tərtib yoxdur. Səndən mənim deyil, yəni bu mənada. Biz Durakçıda bura ki, tüm Türkçü Durakçıda bura. Yəni Yerevandan gedənlərin, Yerevandan gedən türklərin mütləq vətənidir, şəksiz. Tamam, gözəl, gözəl. Tamam, təşəkkür. Vətənin anlamı və önəmi sizin təşkilata və üyələriniz üçün nədir? Vətənin anlamı bir milli demokratik hərəkata ki, bizim təşkilatımız o milli demokratik hərəkatın bir ayrılmaz bölümü sayılır. Devlətçilik mənasındadır ki, bizə deyir ki, vətən varsa orada devlət qurulmalıdır. Gözəl. Yəni, biz dediyimizdə deyəndə bu mənası Azərbaycanın vətəni nədir? Vətəni olmayan bir xalq devlət qura bilməz. Çünki devlətə topraq lazımdır. Yəni, dünyada bu cür var. Vətənli xalqlar, vətəni olan xalqlar, vətəni olmayan xalqlar. Məsələn, bu qaraçılar da, bu Rumlar, onların vətəni yoxdurlar, məsələ. Məsələ, İranda ermənilərin vətəni yoxdur. Vardılar İranda ermənilər bir azınlıq kimi. Amma vətəni yoxdur. Amma vətəni olsaydı, onlar azınlıq demək olmazdı. Məsələn, İranda türklərin vətəni var, kürdlərin vətəni var, bəlusların vətəni var. Vətən varsa, orada o xalqın öz idarə etmə haqqını, bugünkü beynəlmiləli hüquqlar əsasında qurma haqqı vardır. Yəni, vətən dediyində, vətənin varsa, devlətçiliyin də olmağı lazımdır deyə düşünmək lazımdır. Gözəl. Sizin təşkilat vətənin sərhədləri necə təyin edir? Sərhədlərin haqqında taza bir şey yaymışdım da. Vətən biz, yəni sərhəd məsələsində bizim teorumuz budur ki, biz siyasi xəritənin bu gün yayılması ilə müxalifik. Çünki siyasi xəritənin bu gün yayılmasında xalqlar arası problemlərin meydana gəlməsinə səbəb olur. Yəni, İranda belə bir şey yayılırsa, türklər yayılsa, bəzi bölgələr, məsələn, deyəcək, Mahabat Pərz, Mahabat Azərbaycandır, o deyəcək, Mahabat Kürdistandır, Bəluçlar deyəcəklər, bura Farsistandır, Farslar deyəcəklər, bura Bəluçistandır, Lorlarla ərəblərin arasında, ərəblərlə Farsların arasında və bu ixtilaf İran rejiminin bu hərəkətlərin zəiflətməsində, bu çatlaq çubuların arasında özəlik, bu çatlağı genişdirməsində və öz İran rejimi həyatının daha çox davamında istifadə edə bilər. Ona görə biz rəsmi xəritənin yayılması ilə bu aşamada müxalifik. Amma xəritənin haqqında, Azərbaycanın xəritəsi haqqında araşdırma, təhqiq eləmə, onu bəllətdirmə, yəni bir bilimsəl bir iş görmənin tərəfdarıyıq. Çünki o lazımdır, yeri gələndə, zamanı gəldiyində müəyyən bir bilimsel xəritənin meydanda olur. Sizin partiniz ona bir standartlar qoyubdur da. Deyib ki, bu metrajlarla mən ölçəcəyəm vətənin sınırlarını. Onları deyə bilərsiniz. Ona gələcəm. Əlbəttə, o cür deyil ki, biz bugün deməyək Azərbaycanlı ya türklərin vətəni haradır. Bizim nəzərimizdən Azərbaycanın, yəni ümumiyyətdə da, bülək də ümumiyyətdə hamısı haradır. Azərbaycan Türkiyə sınırından gəlib Həmədan və yavaş-yavaş Tehranla yaxınlaşana qədər Azərbaycanın türklərin, Azərbaycan deyil, Azərbaycan, türklər Tehranın yaxınlaşan bitişik bölgələrdə mütləq əksəriyyət və nisbi əksəriyyətdə yaşayan türklər türk xalqının vətəni sayılır ki, orada qurulan... Onun içində Əraç da var. Onun içində Əraç. Əraç da onun içində yerləşir. Bilirsiniz, İranın bəzi təhqiqlərə görə türklərin yaşadığı bölgələr 12-13 ustanın içinə yerləşirlər. Yəni az, çox da, yəni bölünüblər 13 ustanına, fərqli ustanlara ki, bu həman bu xəritənin haqqında araşdırma zəruridir. Araşdırma, bilimsel iş lazımdır. Amma bu gün rəsmi xəritə yaymaq düzgün deyildir. Bir tərəfdən də bir başqa sözlə artırım bu sözə,
xəritə deyil ki, bizə vətəni verəcəkdir. Bəlkə siyasi gücdür ki, o xəritəyə sahib çıxdıracaq səni. Sağ olun. Ona görə xəritə ilə bir təsənnüi davanın meydana salmasını və hətta bu təsənnüi davalarda qorxutma, diz çitmə, xalqımıza qorxutma, diz çitmə meydana gətirməsi deyil. Milli maarifləşməni aparacaqsan ki, lazımi güclü əldə etdinsə, sən lazımi yaşadığın torpağa sahib çıxarsın. Əl-aqilu bil-işarə. Dəqiq. Vətən üçün savaşa girər misiniz? Lazım. Gəlsə vətən üçün mütləq savaş olmaq lazımdır. Sən vətən deyil, sənin evivə hücum gəlirsə, evivə sənin hücum gəlir, ailən orada durubdur. Sən özündən müdafiə etmə haqqın var mı, yox mu? Ya duracaqsın, gəlsin səni çapsınlar, qırsınlar, öldürsünlər. Gəliyə bilərsiniz tərəfi. Tərəf sizin, Kanadada, mən bilmirəm sizin torpaqlar orada nədirdir. Kanadada divar yoxdur, həyətlər açıqdır, hamısı. Yəni, məsələn, mən burada başımı salsam əşaya, deyək ki, birinin iti var, adam deməyək. Ötürürsən, bu həyətdən getir oradan, divar zot yoxdur da, getir, hamısı qaçışıqdır bir-birinin həyətinə. Biraz da dost olsa, elə görürsən ki, adam tuman paça durubdur, buradan gedir, onun həyətindən gedir, oradan o başdan çıxır xiyabana, məsələn. Da şeyə getmir. Bu olur, mən olduğum yerdə görürsən, birdən oradan qonşu gəlibdir, bizim buradan getdir xiyabana, məsələn. Yolu biz əlbəttə danışığımızda, keçən danışığımızda dedik ki, siz savaşdan, öldürmədən, ölmədən, düşməndən, bu sözləri nə qədər az işlətsəz, o qədər yaxşıdır. Yəni, zərurətsizdir bunlar. Sənə ailəvə hücum gəlsə, dur, tamaşa edəcəksən. Vətən də o cür bir şeydir da. Vətən nə mənədir? Bir şəhərdir, deyək. Bir şəhər. Bura Təbrizdir. Bura Miyanadır. Bura Mərağadır. Bura Ərdəbildir. Bu Ərdəbilə hücum gəlir bu cəmaətin qızğınlığına. Neysə, tamaşa edəcəksən. Yəni, özündən difa bir normal bir reaksiyadır bir insanın. Ona görə bu sualın ihtiyacı yox. İstirdim buna deyəm ki, Kanadada o yerinizin sərhəddi bəllidir. Oradan geçəndə güllə ilə vura bilərsiniz. Tamam da. Ola daha çox şeydirlər deyəni. Amerikada zəmi var, zəminin şeyi yoxdur. Məsələn, qarğıdalı zəmisidir. Divarı yoxdur İran kimi, heç zadı yoxdur. Amma biri oradan geçsə o zəmiyə, o zəmi sahibi onu güllə ilə vura bilər. Düzdür, güllənin saxlamaq şəraiti çətindir, lampular hamısıyla, amma beləsi çox ciddi mərziləri şey edirlər. Baxın, qoyun burada bir daha bir balaca intiqad edeyim nasyonalistlərə. Şimdi nasyonalizmin ədəbiyyatı, baxın bir şeylər var, aydındır, hər zatdan aydındır, gündən aydındır. Bax, sənin ailənə hücum gəlir, şəhrinə hücum gəlir, sənin uşağın, xanımın, zindiyanlığın oradadır. Sən nə edəcəksən, yəni dur tamaşa edəcəksən. Hani müdafiə edəcəksən. Tamam, bunun nəyə bəhsini? Bunun indi siyasi bəhsimizdə ehtiyacı yoxdur meydana gətirək. Əslən, söz konusu deyil indi. İndi söz konusu bizə güc toplama, pozitiv. Fəqət pozitiv şeylər danışmalıyıq. Diqqət edin, biraz sərv elə, tələsmə. Bax, bizim vəziyyətimiz, ya türklərin vəziyyəti elə bir vəziyyətdə, elə bir, yəni, çox pis bir durumdadır türklərin vəziyyəti. Bizim şiə olmamız, farslarla həmdin olmamız, uzun zaman farslarla dövlət quruculuğunda olmamız, yəni bizə bir tərəfdən də bir səbəblərə görə şu səbəblərin adını burada çəkməyim, ayrı danışmışam bunları. Bir səbəblərdən ötürü bizimkilər olan içində ərimiş. Bizimkilər ərimiş. Yalnız Qacar devrində də ki, bizimkilər olan içində ərimiş. Baxanda gəlsin firqə düzəlib, hakimiyyət qurub firqə. Milli hökuməti, Azərbaycan Milli Hökumətini qurub, Hizb-i Tudə nə mənə qurub İranda? Heç zat, bir hizbidir. Bunlar keçirlə sınırlayan da bu ki, dövlət qurubdur, ən böyük partiyadır, Hizb-i Tudə lazım olsa gəlçələydim onun çiləydisinə. Bunlar gedirlər ki, Hizb-i Tudənin içində heç qarı idi. Yəni, bizim saxıncamız var, problemimiz var bizim aydınlarımız içində. Yəni, bu asimilə məsələsi çox ciddi məsələdir. Ona görə diqqətli olmalıyıq. Müsbət ədəbiyyatdan istifadə eləməliyik. Bizim müsbət ədəbiyyatda daha çox xalqımızı cəlb edək, ta qandan, candan, ölümdən, filan, yəni düşmən. Yəni danışmalara da məcburuq, sabahları üzbəyüz gəlsin. Çalışın ki, nə qədər lazımdır, düşmən sözü çox işləyir, yəni öldürmə sözünə, savaş sözü məsələ çox az işlərdir. Sabah işlədərik, bu günləri görək. Sizin təşkilatın tərifi millətdən hangi özəllikləri içine alır? Hangi özəllikləri, kəlmələri qoyanda bir milləti tərif edirsiniz?
iki dənə tərif var millətdən. Yəni çox tərif var. Əslən tərif millətdən çoxdur. Yəni akademik təriflər deyim demək istəyirəm. Hər kəs bir açıdan, məsələn Yugoslavda millətin tərifinin əsasları başqa şeylərdilər. Yəni məsələn daha çox dinə dayanan faktorlar. İranda millətçiliyin tərifində daha çox dilə dayanan, filan. Hər bir şəraitə görə və araşdırmalar və ona görə bu akademik və mübahir şeyləri təhqiqdən sonra bir tərif şəli var. Amma dünyada iki tərif, çox tanınmış tərif vardır ki, onların Fransəvi tərif və Almani tərif adında məruf oldular. Biz millət tərifində özümüz seçməliyik. Bax, özümüz seçməliyik ki, bu təriflərin içində hangi tərif bizim üçün uyğundur? Bizim istəyimiz üçün, münasibatımız üçün. Bu çox mühüm. Ya da ki, özümüz yaratmalıyıq əslən, fərqli. Çünki yaratmağı biz bu işi görməyək, çünki yaratmaq danışqanın işidir. Biz istəsək, məsələn, mən ki, siyasi fəalam, məsələn, siz ki, jurnalistsiz, deyəsiniz, bir tərif, ekonomi, məsələn, millətdən yaratmağa etibar sahibi olmaz onda o tərifin. Etibarı olmadıqda onu təxtə oturtmaq olmaz. Amma lazım deyil, var yəni. Mövcud var təriflər ki, bizim istəyimizi təmin edir təriflərin içində. Hər halda bir də bu şeyə gələndə də, yəni dünən bizim bu bəhsimizdə oldu, siz tarixdə dediniz, mən belə düşünürəm ki, millət o zamandan düşünüb, bilimsel bərrəstliklarla, sosiolojik bərrəstliklarla, sən deyirsən ki, mən eləmişim. Onda bir sən didakçıdan, jurnalistsən, tarixi, sosiolojik tərifi o qədər, məsələn, dövrəyi feodalda millət adı gəlsin. Məsələn, bu cür məqsud biraz diqqətli olmağımız daha yaxşı olar. Yaxşı, millət tərifində iki dənə millətə tərif vardır. Ki, iki dənə tərifin, indi İran içində də mərkəzçilər bir təriflərini difa edirlər, qeyri-farsçı xalqların hərəkatı da bir o birisindən müdafiə edir. O mərkəzçilərin tədafi etdiyi millət tərifi budur ki, bir siyasi coğrafiyada qurulan devlət, yəni bir devlət, siyasi coğrafiyada qurulan devlət, və o devlətin çərçivəsində yaşayan insanların adı millətdir. Onun etnisiyeti nədir, nə edir filan, onlara baxmazlar. Siyasi coğrafiya və orada qurulan bir devlət varsa, orada bir millət yaşır deyə. O Fransəvi tərifdir bu. Bizim tərifimiz isə... Bir də onu xülasə deyin, təkrar eləməsəz. Bir siyasi bir coğrafiyada qurulan devlətdə yaşayan insanlara bir millət sayılır. Onların, məsələn, milli ya etnik özəlliklərinə baxmayaraq. Tamam. Bu Fransəvi tərif adlanır da. Dərvaqa bu həman dövlət-millət tərifidir. Necə dedik ki, məsələn, deyirlər nation. Bu nation həman bu nationdir deyil. Bir dənə siyasi coğrafiyada bir dövlət var, orada yaşayan insanlar bir millətdirlər. Necə deyək, bu mərkəzlər deyil, İran milləti, o söhbətdir ki, əlbəttə, təəssüflə demək olar ki, bu tərif də... İran da elə Fransədən alıb bu tərifi. Həqiqət, o da ayrı, Türkiyədə oradan alıb. Türkiyədə oradan alıb. Mən biraz da Türkiyədə analizlərimizi gətirirəm ki, biraz diqqətli olmağımız, bilimdir da, bu təcrübə bilim sahibidir. Bilirsiniz da, İrana da bu tərif Türkiyədən geçibdir. Fransa'dan gəlib Türkiyə, Atatürk'ün şeyidir, yəni Atatürk çox, yəni bilincil bir adamdır, çox bilincil bir adamdır. Ondan qabaqdır. Çünki ondan qabaq İran adlanan yerdən, yəni Qacardan getmişlər, Fransada dərs oxumuşlar. Fransələşmişdilər əslində. Napolyon zamanından hətta. Onlar bu fikri gətirmişdilər içəriyə ki, məşrutədə də görürük ki, onlardılar. Nasiruddin Şah danışqah qoyur, onlar gedirlər danışqahda dərs verirlər. Onlar bu şeyi fikir gətirirlər. Üstə Framasonları da oradan gəlir. İranda devlət, millət bu tərifi Fransəviyə aid olan şeyi Rıza Şah zamanından sonra qurulubdur. Yəni gətirib rəsmi. Və Rıza Şahın da idoli, ən sevdiyi adam Atatürk'dür. Və oradan, məsələn, bu kəşf-i hicab var, İranda kəşf-i hicab. Onu da oradan, Türkiyədən almış. Amma çox məsnui şəkildə icad etmiş. Bunun bir xatirəsini oxudum. Qoyun burada deyim onun xatirəsi. Gözəl bir xatirədir, qalsın. Yəni bu gedir Türkiyəyə, baxın ki, başlar açıqdır da, yəni xanımlar azaddırlar, filandılar Atatürk görəndə. Sonra orada anlaşırlar ki, bir tarix alır Atatürk, gəlsin İrana. Amma məsələn, deyək ki, 5 aydan, 3 aydan sonra gələcək İrana.
Bu 5-ə 3 aydan sonra gəlir, deyir ki, bu Atatürk İrana gələndə hamının başını açıq görməlidir. Yəni, bu ki, qaçırlar cəmaətin çərşabın, çadırasını zorla filan elə, bu zorla istəyirmiş ki, qısa müddətdə Atatürk İrana gələndə baxanda görürsün ki, cəmaət başa çıxdı, belə olurmu? Bu vəhşiyyətə səbəb oldu ki, hətta bugün Cumhur İslamının, ya İslamın bu İranda qüvvətlərinməsinin filan səbəblərinin biri deyil, o Rza Şahın o siyasəti sayırlar ki, zorla cəmaətin başından tərqatına bilməyə bir ağaqlı olmuyor. Əgər icazə buyursanız, mən də bir dana tarixdən fakt gətirim. Biz bunu danışıqda oxumuşuq. Danışıqda mən jurnalist oxuyanda bunu bizə dərs deyirdilər. Orada yadımdadır. Bu ki bizə öyrədiblər, Rza Şah beləsi başlaydı, bu kollən yalandır. Niyə yalandı? Buna görə. Rza Şah əvvəl gəldi, böhkdən başladı, kişilərin böhkündən. Papaqların götürdü əvvəl. Sonra bir dana papaq verdi. Dedi ki, hamı ləbədar qoyacaq. Sonra məruf oldu ləbədara. Sonra onu götürdü, Pəhləvi bölgü qoydu. Calibdir. Biz bu dərsin içində bu əksi bizə bir saat tozih veriblər. Bir dana əksi qoyublar. Bir saat kitabda çap olubdu. O kitabda çap olduğun əksi budur. İnsan Şirazda bir dana Çaharrahın başıdır. Əks alıblar. Adamın başında ləbədarı var. Kot şalvarı giyibdir. Ayağında başmağı yoxdur. Ayaq yalındır. Bu bunu göstərirdi ki, dövlət zor eləmişdi. Sən bölgü, elə ki əvvəl bölgü götür, bilirsiniz, bu da şeydir, ekonomiydi. Yəni bir də insanlar, əvvəldə şeydən danışdıq, rantdan. Rant idi. Yəni adamlar gəldilər, bölg gətirdilər Fransədən. O bölg İranda başarmırdılar düzəldələr. Fransədən o ləbədarı gətirdilər. Sonra Pəhləvi bölgü deyək ki, dimdikli bölgü da, o dimdikli bölgü gətirdilər. Yenə onu Fransənin ordusundan gətirdilər. Ehtimalı vardı ki, o şirkəti ki, bölgü düzəldi, bizə şaha bir rişvə verib, rant yəni. Deyib, sən buranın bölgün, bu bölgü elə. Təhqiqdə çox ciddi orada, heç kəs, baxın, qoyun bunu mən burada deyim, özümü biraz tərifləyib. Heç kəs Rza Şahın işlərin ekonomi görməyibdir. Ekonomi rant olaraq ha. Çünki lazım deyil ki, mən Rza Şah özü bundan faydalanan. Bilirik ki, Rza Şah özü çox böyük fayda, ekonomik fayda götürübdür. Amma onunla gələnlər nə qədər milyardılar dolar. Siz fikir edin, məsələn, xanımların paltarları değişəndə görün nə qədər böyük sərvət cavabıcı oldu. Nə qədər ekonomi, iç ekonomi ha. İç ekonomi ki, dünəcən papaq düzəldirdi, papaq da düzəllənmədi. Baxın görün nə qədər ekonomi yaptı. Yəni bağlı oldu xariciyə da, ləbədar odur. Bax bu xod şalvarı başarmırdılar. Bu xod şalvarı ki biz indi deyirik, heç kəs başarmırdı bunu düzəld. Bunu xaricədən gətirirdilər, oradan gətirdilər, burada ölçəkdilər falan bərman. Məsələn, mənim böyük dədəm Bakıda, İrəvanda gedib bunu örgəşibdi. Bu işi, bu xoş şalvar timağı, dərzi deyirdilər özdə. Oradan gəlibdi, burada milyarder olubdu. Yəni gəlib burada o dövrədə bunu tihmağa məşğul olubdu, milyarder olubdu. 8 kənd alıb özünə, 8 kənd. O zaman. Yəni, belə bir sistem, yəni rant sistemi yaradırdılar. Düzdür, rant zamandan var. Evet, Rza Şahın rant məsələsi çox yeni, bundan çox genişdi, amma bir ayrı zaman. Ayrı zamandan sonra. Heç kəs işləmir, mən işləmişəm üstündə. Tamam, Fransa tərifin buyurdunuz. Alman tərifi nədir? Fransa tərifin dedik. İndi qaldı Almani tərif. Almani tərif deyəndə bir toplumun, bir camiənin müəyyən özəllikləri barındırdığında, məsələ müştərək topraq, müştərək tarix, müştərək dil, müştərək ənənə və hətta ümumiyyətdə müştərək dinə dayanaraq uzun tarix bir bölgədə yaşayıblarsa və bir təcrübə ediblərsə, o bir millət təşkil edir. Yəni, bir etnik özəlliyi daşıyan. Onun adı etnomillət. Yəni, mən bu adı seçmişəm, etnomillət adı qoyum. Öz adım, özüm, bu etnomillət sözü mənim sözümdən dedim. Əlbəttə, başqasının söz ola bilər, amma mən özümüzün, sosiologlarımızın birindən Türkiyədə almışam və onu münasib görürəm. Əlbəttə, bu da bir tərifdir millətə. Yəni, əlbəttə, bunun tərifin Stalinə də bağlıydı. Çünki Stalin də millətin tərifində Almanı tərifi götürübdür. Bilməm niyə üçün. Hər halda onu götürübdür. Ki, yəni, müştərək dil, müştərək ənənə, müştərək kültür və mühüm olan əlbəttə onun, o millətin ən sonunda müştərək siyasi iradənin olması bir devlət qurmağı.
və bir milləti tərif edir. Yəni, etnomillətlə millətin fərqi, bir də burada bunu deyim sizə, etnomillətlə millətin tərifində etnomillət özəllik, yəni müştərək dil, müştərək vətən, müştərək tarix, müştərək ənənə, müştərək filan. Amma o etnomillətin siyasi iradəsinin meydana gəlməsində, yəni söz yox ha, siyasi iradə göstərir ki, bu millət dövlət istəyir. Onun adı millətdir. Yəni, dövlət qurma iradəsinə sahib olan sözdə yox. Yəni, görürsən ki, toplum hamısı dövlət istəyirlər məsələn. Ona millət demək olur. Çox sağ olun. Mən özüm də milləti bu cür tərif eləmişəm. Fəqət iradə ilə tərif eləmişəm. O birisiləri ilə tərif eləməmişəm. Mənim öz tərifimdə. Çox sağ olun. Gözəl idi. Sizin təşkilatda kimlərə millət deyirlər? Sizin təşkilat, o təriflər ki, biri Fransa idi, biri Alman idi. Sizin təşkilatda kimlərə? Ya hangi nə tərif edirsiniz milləti? İndi əlbəttə bunu deyim, onu da artırım ki, biz dövlət, baxın dedim orada bir yanlışlıq olubdur. Bu gün, yəni əvvəldəki ulus dövlətlərdə türkçə olur ulus dövləti, farsça olur dövlət, millət. Ulus dövlət Fransada qurulandan sonra yavaş-yavaş dövlətlərin hamısı özəlliklə bu idi ki, bir millətin, yəni bir etnomillətin özəlliyinə dayanaraq millət qururdu və başqa millətə əzildi o ölkədə. Doğrudur. Yəni, məsələn, deyəndə Franklar Fransada dövlət qurublar, məsələn, orada şeylər, başqa millətlər də var da, məsələn, əzillər da, yəni İran kimi məsələn filan. Yəni, orada bunu istedim fəqət deyim ki, nə istedim deyim, sözün birinci dəfə... Tamam, mən sualı soruşsam yazılı gələr, sualı bir də soruşsam yazılı gələr. Sizin təşkilatda kimlərə millət deyirlər? Hə, millət deyilir. Da indi oradan geçtik, orada bir söz diyeceğim, yadımdan çıxdı, gəlsə yadıma deyərəm sizə. Tamam. Ərz olsun ki, kimlərə millət deyir, o tərifi ki, biz indi burada etdik. Hə, burada iki dənə tərif vardı. Bir, dövlət, millət vardı ki, bu gün ona beynəlmiləri, yəni İngilisi dildə nation deyirlər. Bax, məsələn, Milal Müttəhid nə olur İngiliscə? Bəli. Milal Müttəhid nə olur İngiliscə? Aha, məndən İngilisini sorursunuz. United Nations. Şimdi özümün hafızamda dəydi, ona görə sizlər istəyən kömək edin. Yatı, tamam, United, tamam. Baxın, deyir United Nation. Baxın, United Nation ittifaqən dünyanın ən böyük organizasyonu, ölçüdür da. Dövlətlərin ölçüdür. Onlar hamısı bu nation sözünü, yəni United Nation, yəni nationların birləşməsi. Yatı, bu nation adlandır. Fransız deyimi üzərində qurulmuş. Halbuki onlar dövlət millətdilər, ya dövlətdilər də, dövlət. Amma üçün o əvvəl aşamada, istedim onu deyim, yadıma gəldi. Əvvəl aşamada dövlət millətlər qurulanda, Türkçəsi olur, ulus dövlətlər qurulanda, onların adını elə millət dedilər, ulus dövlətlər. Hətta indi deyirlər, bax, Türkçədə ona ulus deyirlər. Ulus yəni ki, bir millət iki dövlətə çevrilibdir. Bir millət iki dövlətə çevrilibdir. Yəni, o zamandan ki, o dövlət, millət gəlib, o neyişini işlədir, yəni bir millətin dövləti. Diqqət elə, qurulanda Fransada bir millətin dövlətin qurublar, ona görə elə ona nation deyiblər. Yanlışdır, amma nation deyiblər. Sonra United Nation düzəlib. Yəni, o nation oradan qalıbdır. Dərvaqə nation dövlət, millətin xülasə olmasıdır. Yəni, nation. Klasik mənada, geri qalmış mənada, əvvəliyyə mənada dövlətlərin, ulus dövlətin adı olub nation. Halbuki dövlət istəyirdi, nə nation deyil. İndi biz burada bir problem ilə qarşı-qarşıya dururuq. Orada deyil United Nation, yəni, becən ki, desin, dövlətlərin birliyi, deyib millətlərin, nation. Biz indi burada bir adam millət söz. Deyirsiniz ki, siz hansı millətlər? Onda biz ayrı bir söz deyək. Ona görə mən deyirəm ki, nation deyən də əgər biz etnomillət adını gətirsək etnomillət, onda bilərək ki, bax, biz kimlərə millət deyirik, ya kimlərə etnomillət deyirik, kimlərə devlət deyirik. İranda devlət var. Munta klasik mənada Fars dövlət millət var İranda. İran Fars dövlət milləti. Bunu Fars xalqı ilə qarışdırma. Bu ayrı şey. Fars xalqı başqa şey. Dövlət odur. Dövlət Fars dövlət millətidir. Yəni, burada biraz mürəkkəblıq var da, görürsən, dövlətə də nation deyilir, millətə də nation. Millətin ki, hələ dövləti yoxdur da ona nation deyilir. Mübahisələrdə qarşı-qarşıya duranda biz biraz diqqətli olmalıyıq ki, bu mübahisələr
biz yani eşidəni, mübahisələrimizi eşidəni caydırmasın. Bu nation deyəndə ya millət deyəndə dövlət millət deyir, ya etno milləti deyir. Mən aydınlıq gətirmək üçün o etno milləti işlətməkdə bu cürsi fayda görürəm ki, bilin biz nədən danışırıq. Millət ki, hələ dövləti yoxdur. Bir də millət ki, dövləti vardır. Bunların ikisi bir-birinə fərqlidir. Hansılar millət bilirik İranda, yəni millət bir iradəyə bağlı bir şeydir. Etno millətləri vardı ki, Sazman-ı Milal buna gözəl madde verir ki, millətlər dövlətsiz millətlər. Çox gözəldir. hə, qəşəng addır. Əlbəttə o Sazman-ı Milalin dəyəri, yəni müstəqil bir təşkilatdır o, amma onlarla bərabər. Bəli, onlarla bərabər çalışır. Hə. Ərz olsun ki, tamam yəni o da var da, o da çaba göstərir filan. Mən bir daha bir söz deyim sizə, qoy bir daha bir söz deyim. Bizim bu bəhslərdə, bu təriflərdə ki, təyin konəndə rol oynayacaq. İradi siyasıdır. Məsələn, indi kütlərin İranda, kütlərin, yəni iradi siyasi da bəllidir da, bunlar istəyirlər, siyasət quracaqlar, dövlət qururlar. O kütlərin siyasəti Azərbaycana qarşı olaraq boş verin, burada o bəhslər. Biz ki, aydınlaşdırma mövzu. Kütlərin iradi siyasi olmazsa dünya aydınlaşır. Yəni, tamamı dövlətlər küt deyirlər, deyilibdir. Sonra o günlər bizim dostlarımızın biri bizdən soruşurdu ki, məndən soruşurdu ki, niyə kütləri deyirlər və bizləri demirlər? Niyə kütlərin adını çəkirlər, hər yerdə onu biz demirlər? Sualın cavabı nədir? Onlar o iradəyə lazımi siyasını qoyublar ki, qoyublar meydana və tanıtdırıblar. 100 ilin söhbətidir bu. 100 ilin tarixidir. Biz neynəmişik? Bizim hizbilərimizin, onların hizbi sosial demokratların birliyinin üzvüdür. Bu Avropada. Avropada dövlət hizbiləri, dövlətlər qururlar Avropada. Həm hizbi demokrat, həm komərlər orada üzvüdür. Biz gərək öz, yəni tənqidi düşüncəmizi gücləndirək. Onlara, məsələn, toteə teorisi ilə deyək ki, onlara yox edən şeydir, onlara istəyirlər bizim əleyhimizə tüylənir, o cür deyil. Onların fəaliyyət 100 ildə təsbit elətdirib olan müqət. Biz indi özümüzün fikrimiz olmaq ki, nə edə bilər? Bizim partiyalarımızın nə qədər üzvü var, nə qədər cami ilə vəsitlər, onu gücləndirməliyik. Cənab Şamili, bu üçün məsələn biz bu tərifləri soruşuruq, buna görə ki, bunlar akademinin şeyi olacaq, kökü olacaq. Sizin hizbin tərifi, bilirsiniz da, hər tərifi bir millət yaradar. Yəni, vətən tərifin, millət tərifin, hətta Sazman-ı Miləldə, məsələn, o ki, deyiblər, Sazman-ı Milal, bəli, millətlərin deyil, dövlətlərin sazmanıdır. Bunun da indi nəqdi vardı da, nəqdi çıxır, dəyişilir. Məsələn, hüquqi bəşər yox idi. Millətlər o qət deyiblər, yazıblar ki, ortaya bura yerləşib. Yəni, biz tərifi yaradırıq və onu yavaş-yavaş şeyə getirdirik, üstə getirdirik. Məncə, hər hizb öz məramnaməsində, öz ideolojisində, fəlsəfəsində bu əsaslı şeyləri tərif edir və bunu sonra dövlət səviyyəsində, xüsusən istiqlalçı ya federalçı istəyir bir dövlət qura. Yəni, vaqiyyət bu da siz istəyirsiniz dövlət qurasınız. Ya İran içində qurasınız, ya da müstəqil. Biləxəli istəyirsiniz dövlət qurasınız da. Yəni, müşkül buradır ki, məsələn, biz İran əsən görmüyoruz. Yəni, siz istəyirsiniz Azərbaycanda dövlət qurasınız. Sizə İran o tərəfində nə geçir mühüm deyil ki. Sizə budur ki, Azərbaycanda dövlət qurasınız. O cür deyil mi? Siz öz tərifinizi yaradırsınız. Yəni, siz öz baxışınızı yaradırsınız. Sizə rəbti yox ki, ərəb nə düşünür, yox, istəyirəm bunu deyim ki, bir normlara biz öz zəiflərimizi görməsək, onları zəf etməsək, o işi, o məqsədi ki, istəyirik rəsmiyyətə tanınaq, bir iradəli bir xalq kimi, oraya yetişməyəcək. Oraya yetişməsək bizi tanımayacaqlar. Əslən, mənim bu sorulardan amacım budur ki, partilərin birazı da bilsinlər ki, biz harda zəifuq, bizim harda müşkülümüz var. Yəni, baxın, məsələn, bu günləri ranta baxsaydınız, rantıda siz biraz valay vurdunuz. Vaqiyyət budur da. Yəni, gördük ki, çox burada bir diqqət eləməmişsiniz şayət. Ortada tüm məsələ yox imiş, əslən fikir verməmişsiniz ki, bizim əslən məsələmiz yoxdur ki, biz buna nəyə fikir? Amma indi görürsünüz ki, yox. Biz, məsələn, gələcəyi da düşünməliyik da. Məsələn, 10 ildən sonra bizim parti istəmiş ki, sabah dağılsın. İstirik bu parti 100 il devam gətirsin, 500 il devam gətirsin. Biz bu partinin bünövrələrini elə qoymalıyıq ki, 100 il devam gətirsin. Bir əsasnaməsinə bir rant məsələsinə bir not qoymalıyıq ki, Hidayət bəy bu sözü dedi, buna diqqət edin. Yəni, gələcəkdə problem olmasın. Biz ki, olur gələcəkdə. Yəni, tək bu deyil ki, yəni,
burada indi biz zəiflərimizi də görəcəyik. Məsələn, Elə. teori zəifimiz harda var, əməli zəifimiz harda var, tərifimiz harda zəifdir. Ya bunlar özümüz də görməliyik, özümüzü nəqd etməliyik. Məsələn, Salih bəylə danışanda, Salih bəy məsələn iki şeydə çox belə şəhamətlə deyir ki, bizim burada bu müşkülümüz var. Biz bunu tərif eləməmişik. Biz bunun üstə də fikirləşməmişik. Bu çox böyük qədəmdir. Yəni o zaman ki siz bunu dediniz, yəni ki mən burada bir şey aparacağam, təhqiqat aparacağam, vaxt qoyacağam, düşünəcəyəm, bunu həllinə çalışacağam. Bu çox önəmli məsələdir mənim nəzərimdə. Onu hər halda. İndi siz amma mənə demədiniz, sizin təşkilat biləxərə millətləri nə cür tərif edir? Milləti, öz millətin nə cür tərif edir? Yox. Ya kimlərə millətdir? Özünüzün üçün. Yəni Fransanın kimdir, Almanın kimdir? Bu kimlərə milləti deyək, yavaş-yavaş başını yığaq da. İndi o yarın burada. İndi mənim telefonumda dayanmır. İndi qorxuram. 6 sualım var. Bu bəxşi qutaraq, bu millət bəxşini qutaraq gedək. 6 sual. Bəli, bu millət bəxşi şeydir, maraqlı bölümdür. Bilirəm. Qoy onu geçək danışaq. Genə soruşacağam. Bunu genə sizdən danışacağıq. Hey, bunun sözü gələcəkdir. Yaxşı. İndi son sual nə idi? Kimi millət tanıyırıq? Kimlərə millət deyirsiniz? Sizin təşkilat. O tərif elədik millətdən, özəllik Almanı tərif şimdi mən irayə elədim də, bir toplumun yəni müştərək müştərək qəbul edənlər o millət və iradə siyasi. Tamam. İradə siyasisi olanları biz millət tanıyırıq. Çünki bəziləri var ki, iradə siyasiləri yoxdur. Məsələn, Ermənilər İranda iradə siyasi, bir etnik kimi rəsmiyyətə tanınmaq əlbəttə ki lazımdır, amma bir iradə siyasi ki, bir siyasi eyləmə girsin deyə o cür bir şey yoxdur. Ona görə biz orada o etnik tərifinin iradə, yəni dedik, etnik mətuf bir iradə siyasi. O iradə siyasi olana millət adlandırırıq. Sizin təşkilatın düşüncəsi qovm sözündən nədir? Xoşlanmırıq qovm sözündən. Çünki İranda mərkəzçi, şovinist zehniyyət istəyir qovm məsələsini demağıyla desin ki, bunlar qovmu xişdirlər. Yəni qovmun kökü qovmu xişə yiyir də. Halbuki Fars dilində qovm maadili etnikdir. Yəni etniki tərifim. Amma çün xod etnik sözü Fars dilinə giribdir bugün. Ona görə mütləq qovm sözünü işlətməkdən bərhəzər olmamız lazımdır. Yəni uzaqda durmamız lazımdır. Onu rədd etmemiz lazımdır. Çünki onların məqsudi qovm sözündən də maadili etnik də deyil. Bəlkə maadili qovmu xişdir. Yəni bunlar hətta hələ qovmu xix ərəfəsindədir. Yəni çox ibtidai bir, yəni ormanlar içində yaşayırlar deyə. Fəqət öz ailələrini tanıdığımız təhqir edici görürsünüz. Yəni əlbəttə ki, təhqir edici şey var içində. Yəni onun mahiyyətində təhqir edici şey vardır. Yəni məna vardır. Ona görə onu həm rədd edib, onun qarşısında durmamız lazımdır o sözün işlənməsinə. İranda olan etno millətlərə. Çox gözəl. Sizin təşkilatın siyasi və ideolojik düşüncələrində qovm sözü kimlərə deyilir? Ya deyilmir əslən? Qovm sözündən biz istifadə eləmərik heçsə. İstəmirik. Məsələn, ermənilərə nə deyirsiniz? Talişlərə, ermənilərə, nə bilim? Etnik sözünü işlədirik. Qovm sözünü kökündən işlətmək istəmirik. Çünki etnik sözün Fars dilində varid olur. Anlamı Türkçədə nə olur? Türkçədə, yəni mən anlayayım deyə. Etnikin türkçəsi mənə anladasınız, nə cür anladarsınız mənə? Etnikin türkçəsi həmanı ki, dedim bu özəlliklər ki, dedim bir millətdə var. Müştərəkdir, müştərək tarix, müştərək. Əlbəttə, baxın, bəzilərində müştərək vətən var, bəzilərində müştərək vətən yoxdur. Məsələn, ermənilər İranda müştərək vətənləri yoxdur. Amma müştərək dil, müştərək tarix, müştərək ənənə filan vardı. Müştərək iradə də yoxdur. Onlar etniklər, Ermənilər İranda bir etniklər, həm də bir dini azınlıqdılar. Ona görə bu etnik, bu özəlliyə sahib olanlar hətta vətəni olmaya da etnik sayılırlar. İndi o tərifçi elədi, o millətdə də o tərif elədiniz. Yox. Millətlə etnikindən millətə bir daha şey artırdır ki, etnik ki mətuf və iradə, yəni iradə-i siyasiyə mətuf və dövlət qurma iradəsi var onda. Tamam. Bir dənə fəqət o söz tərif edir. Qovmla, qovm ya etnik. Qovm yox, etniklə, qovm biz işlətmirik. Etniklə millət, nation'ın arasında iradə fərqi var. Siyasi iradənin olması. Tamam. Sizin təşkilatın, sizin təşkilatda millətlər ilə qovmları
hangi meyarlar biraz işarə elədiniz əlbəttə və ölçülər əsasında bir-birindən ayrı edirsiniz. Doğru dedik da orada. Biraz Yəni qovm sözünü ki biz əsasən işlətmirik. Çünki orada çox belə yəni irticai və şovinisti didgahla düzəlmişdir. Ona görə Çün müadili də etnik farsda işlənir. Elə biz etnik kəlməsi işlədik və qovmla qarşı dururuq. Ondan sonra sual nə idi? Fərqi dedik, iradə siyasi olma və iradə siyasi olma. Məsələn, ermənilər İranda bir etnik kimi yaşayırlar, amma iradə siyasi ünvanı bitən üçün müştərək vətənləri yoxdur. İradə siyasi orada dövlət qurmaq üçün də yoxdur. Hə, diqqət edin, burada bir dənə şey artırım məsələyə. Millətlər ki, etnomillətlər deyək. Etnomillətlər ki, vətən sahibidirlər, vətən. Onlar dövlət qurma iradələri olmağı lazımdır, vətənini idarə etməyə lazımdır. Amma bir yerlər var ki, yox, vətən yoxdur, vətənləri yoxdur, amma vardır özləri. Onlar hər toplumda demokratizasyonun demokratizasyonun gəlişməsinə çalışmalıdırlar. Çünki toplum demokratik, yəni dövlət və toplum demokratik olduqca onların o etnik varlığının qorunmasını çaba göstərə bilərlər. doğrudur. Yəni toprağı olmayanlar demokrasiya çalışmalıdırlar. Toprağı olan xalqlar dövlət qurmağa çalışmalıdır. Doğrudur. Sizin yəni təşkilat Azərbaycanlıları, Qəşqailəri, Türkmənləri, Ərəbləri, Bəluçları o etnik bilirsiniz, yoxsa millət bilirsiniz? Biz Azərbaycanlını bir millət kimi bilmirik. Azərbaycan ta dövlət olmayıbdır, millət adını gətirmək olmazdı. Türk milləti vardır İranda. İradə-i mətuf dövlət qurulandan sonra dövlət quruldu olacaq dövlət milləti Azərbaycan. Yəni Azərbaycan ulusu olacaq. Milləti tərif eləyəndə dövlət millətlə bu fərq oldu. İradə-i mətuf təşkili dövlət. Dövlət düzəlməyib ki, hələ. Dövlət millət də bu oldu ki, dövləti var. İndi burada siz Azərbaycanlıları millət görürsünüz, yoxsa Azərbaycanlıları dəqiq desək, İranda Azərbaycanlılar, yəni Azərbaycanda yaşayanlar. Orada, amma şimalda Azərbaycan. İradə-i mətuf siyasi millət qəbul eləmirsiniz. Yəni iradə-i mətuf şey. Yox, Azərbaycanda dəxli yoxdur onun. Güney Azərbaycan. Onun Azərbaycan dəxli yoxdur. Güney Azərbaycanla danışır. Güney yox. Güney Azərbaycan. Şimalda çünki dövlət qurulubdur. O dövlət millətdir. Orada nation, Azərbaycani nation düzəlib də, dövlət millət düzəlib. O heç. İndi burada dünyada qulaq asın. Dünyada indi Azərbaycana Azərbaycani nation deyirlər də. Millət Müttəhidin üzvüdür də. Yaxşı. Ona nation o mənada, dövlət mənada nation deyirlər. Bizim üçün dövlətimiz hələ qurulmayıbdır. Dövlət mənasında bizə nation demək olmaz, dövlətimiz yoxdur ki, desinlər o nation. Ona görə qulaq asın, Azərbaycani nation sözü bizə işlənmək üçün dövlət qurulmayıb. Amma xalqının, türk xalqının siyasi dövlət qurma iradəsi var. İradə. Hələ qurmayıb ki. İradəsi xalqın, türk xalqının, Azərbaycanlı... İradə qurmaq olmanına deyil ki, iradə elə ki, qursun. Yəni bu, Quranda olacaq dövlət millət. Bəli, qurulmayıb hələ. Diqqət buyurun. Sizin tərif verdiyiniz tərifdən danışıram. Siz bir xalqın siyasi dövlət qurmağa siyasi iradəsi. Bir xalqın. Bir də əgər dövlət qurulsa, dövləti olsa ona deyirsiniz ki, dövlət, millət dövlət, millət dövlət. Əgər qurulmasa... İndiki dövlət qurulmayıbdır, bizim xalqımızın türkdür xalqımızın adı. Türk, xalq türkdür. Amma dövlət ki quracaq, dövlətin adı olacaq Azərbaycan dövləti və Azərbaycanda qurulacaq. Yəni, dövlət qurulandan sonra olacaq nation və mənayı United Nation. Dövlət mənasında olacaq. Onda biz Azərbaycan milləti, necə İranlılar işlədilər İran milləti, qulaq as, biraz diqqətli olma. İndi necə İran mərkəzlər işlədilər İran milləti, bizim dövlətimizdə qurulanda biz işlədə bilər Azərbaycan milləti. İndi Azərbaycan milləti, İranda Azərbaycan milləti adında bir şey yoxdur. İndi Türk milləti var İranda. Bu yanlışdır ki, indi gəlirlər, deyirlər ki, Türk, Azərbaycan milli hərəkatı. Azərbaycanda erməni də yaşır, Kürt də yaşır, Fars da yaşır.
Bu söz ki Azərbaycanla Türk bərabərdir, bu Kürdləri, ermənilər hamısı itəlir getsin düşmənə tərəf. Gedin bizim xalq, burada sizi rəsmi tanımır. Mənim zehnimi qatmayın. Lütfen mən sadiyəm biraz. Mənim zehnimi qatmayın. Siz Azərbaycanlıları Azərbaycanlılar, yəni Azərbaycanlı deyəndə yəni Azərbaycanda yaşayanlar. Azərbaycanlıları Türk tərif edirsiniz, amma Xeyr, əsla. Əsla. Biz Azərbaycanlıları Türk tərif etmirik. Əsla. Azərbaycanlıların içində Türklər də vardılar. Türklər də Azərbaycanlıdırlar. Amma Azərbaycanlılar fəqət Türklər deyirlər. Türklər də hər kim Azərbaycanda yaşır Azərbaycanlıdır. Devlət qurulanda da o hər kimin dövləti olacaq. Yəni hər kəs Azərbaycanda yaşır, onun dövləti olacaq. Okey. Onda bir dənə qabaqdan cümlə demişdiniz, o cümlə fərqli oldu. Çünki onda dediniz, Azərbaycan indi Türkdür, qabaqçı cümlədə dediniz. Türkdür, Azərbaycan dövlət qurulanda Azərbaycan olacaq. Yox, onu demədim. Azərbaycan indi Türkdür demədim. Dedim, indi bir Türk xalqı var ki, Azərbaycanda dövlət qurma iradəsi var. Amma o dövlət qurulanda Türklərin dövləti yox, Azərbaycanlıların dövləti olacaq. Olmalıdır. İradi-i mətuf dövlət qurmaq. Onda bunu görəndə millət görmürsünüz onu. Tərifinizdə bu var idi mi? Yox. Bax, ta dövlət qurulmayıbdır, o nation, United Nation'ın adını gətirmişsə, ta o nation'a çevrilməyib, biz o nation'ı işlədəmə haqqımız yoxdur. Olmamışıq ağəllə. Düzəlməyib, elə dövlət dəyəri qalxmayacaq. Dövlət olmadan dövlət Qəşqayları nə görürsünüz? O Azərbaycanlılar Qəşqaylar Türk xalqı, baxın İranda biraz şey var, yani İranda bir Türk xalqı var. Bir Türk xalqı var. İki yox. Türkmen xalqı müstəqil bir xalqıdır. Türk xalqına ait değildir. Onlar Türk xalqların birliyidir. Türk bizim adımızın, milli kimliyimizin adı Türk'dür. Onların milli kimliyinin adı Türkmen. Türkmenlərin millət görürsünüz, qovum görürsünüz. Bəli, əlbəttə millətdirlər Türkmenlər. Müstəqil millətdirlər. Onların dövlətləri var o tərəfdə. Müstəqil dövlətləri var. O tərəfdən danışmırıq. İranın içindəkiləri. İranın içində də bir dövlət qurma istedadları var. Torpaq sahibidirlər. Türkmen səhra onların içində. Oranı idarə etmə sistemi. Əlbəttə. Amma onlar Türk milləti deyil. Türkmen millətdir. Tamam, orası bildik. Onlar Türkük millətdirlər. Tamam, onu bildik. İndi Azərbaycanı niyə millət bilmədiniz? Türkməni millət bildiniz? Türkmen kimliyin adıdır. Milli kimliyin adıdır. Toprakların adı Türkmenistan. Bir dakika. Topraklarının adı Türkmenistan'dır. Tamam. Topraklarının adı Türkmen değil. Türkmen milləti, yəni Türk milləti. Türkmenistan, yəni Azərbaycan. Muadil bulardılar. Mən demədim orada Türkmenistan milləti dedim. Türkmen milləti. Yəni elə bir İranda bizə deyirsən Türk milləti. Tamam. Onlar devlət kuranda, devlət kuracaqlar Türkmen səhra. Amma sənə devlətlərin adı nə olacaq bilmirəm. Türkmen səhra olacaq, ya Türkmenistan olacaq, hər nə mənə. Qərbi Türkmenistan olacaq, Qərbi Türkmenistan milləti olacaq. Dövlət kurulandan sonra. Dövlət kurulmayıb ki orada. O da indi etnomillət halındadır. Ərəbləri nə görürsünüz? Ərəblər də eyni bizim dayımızdır durumları. Nə cürdür? Yəni, Ərəb milləti, milli kimlik, Ərəbistan, buranın ölkələrinin adı Ərəbistandır həqiqətən. Yəni, tamam əsnada inqilab məşrutiyyəti Ərəbistandır. Onlar indi ehtiyat üçün bəzən əl-əhval işlədirlər. Onlar özləri bilərlər, bizə dəxli yoxdur. Amma hər halda ora olan vətənidir. Onlar da, Ərəblər də bizim kimi bir xalqdırlar ki, orada özlərini bir devlət qurmaq istəyirlər, yerel devlət. Bəluçlar? Bəluçlar da eyni bizim tayımızdılar, durumları. Bəluç milli kimliyin adıdır. Bəluçistan müadil Azərbaycan vətənin adıdır. Yəni biz Bəluçistan xalqı deyil bu. Bəluçistan milləti o zaman işlədəcəyik ki, dövlət qurulsun orada. Bəluçistan milləti demək olmaz olaraq. Bəluç milləti demək olar. Siz Farsları millət görürsünüz, yoxsa qovum, yoxsa Farsların və Farslığın başqa bir anlamı var sizin təşkilat üçün? Farslar da eyni bizim tayımız bir millətdirlər. Heç fərqi yoxdur, bir millətdirlər. Etnomillət iki dövlət sahibidirlər və dövlətlərin adı İrandır.
bu gün o dövlət ki, İran adına gelib Fars dövlətçiliyi özəlliyini daşıyır. Baxmayaraq ki, daxili istimar siyasəti, şovinisti, istibdadi dövlətdir, amma dövlətin etnik özəlliyi Fars dövlətçiliyidir. Yəni, Ya onlar bir də hemen siz dediniz United Nation'da oldukları için o mənanı daşıyırlar. İran yəni o necə biz ad dövlətimizin, məsələn deyək də Azərbaycan da, Azərbaycan, Kuzey Azərbaycan. Azərbaycan bir dövlətin adı deyib, burada da dövlətin adı İrandır. O nation'da da İran, o da United Nation'da bu nation'dan biri İran'dır, biri de Azərbaycan'dır. Bəli. Evet. Yəni o mənada, yəni özəllik fərqi yoxdur, yəni o milli özəllik, milli kimliklər. Yani Farslar İran'da siyasi durumları Türklerden üstündür. Yani onlar millet devlettiler, Türkler yok. Fars milləti bugün İranda dövlət sahibidir. O dövlət demokratik dövlət deyil, antidemokratik dövlətdir. Amma etnik cəhətdən Farsi özəlliyi var. Yəni bu mənada Farsların seçdiyi dövlət deyil. Amma məsələn deyək Səddam Hüseyn bir ərəbi dövlətidir. Yəni etnik baxımdan özəlliyi var, ərəbidir. Amma Ərəb xalqının seçdiyi dövlət deyil, istibdadi bir dövlətidir. Yəni bunların ikisi fərqli şeylərdirlər. Tamam. Məsələn Türkiyədə bu dövlət ki var, bu seçilir. Hani Türkiyədə demokrasi çox aksaq bir demokrasidir, bunu bilirsiniz. Yəni lazımdır, sonra danışaq lazım olsa. Yəni aksaq bir demokrasi, amma vardır. Yəni məsələn seçim ilə iqtidar təyin olur. Orada hani bu dövlət Türklərin nümayəndəsi deyə demək olar. Çünki mərdum seçildi, azad seçimlə seçilir orada. Amma Türkiye dövləti bugünkü demokrasi normlarına uygun bir demokrasidir, kesinlikle yok. Türkiye'nin demokrasisi klasik demokrasidir. Fransa dövləti kurulan dövlət necə oldu? Bir milletin bir devleti. Mesela gəlib orada qobla, nə mutlu Türkəm deyənə. Yani bakın, Türkiye'de Türkiye şəhrivendi, Türkiye olmak Türk mənasında yazıb da qanun əsasında. Şəhrivendi, şəhrivendi, vətəndaş. Vətəndaşın adı Türk'dür. Halbuki vətəndaşın adı Türkiyəli olmalıydı. Nə mutlu Türkiyəliyəm deyəcəkdilər. Gəldilər, qoydular, nə mutlu Türkəm. Yəni bir Kürt uşağı, bir məsələn erməni uşağı cəhət nə mutlu Türkəm deyəcək. Qardaş, mən özünə düşədim, mən Türklərəm, axı nəcür deyirəm, nə mutlu cəhət nə mutlu Türkiyəliyəm deyəcəkdilər. Dikkat edirsiniz. O da orada bir problemdir. Sizcə Farsların vətəni var mı? Var. Türkçü var. Xorasan, özləri Fars siyasi ədəbiyyatı istimari bir ədəbiyyatdır. Adların rəsmiyyəti tanımırlar, millət olmaqların rəsmiyyəti tanımırlar. Yəni bir millət olan rəsmiyyəti tanımırlar. Yəni elə bir güya bu biz niyə onlara rəsmiyyət veririk? Bəs niyə onlara vətən tanırıq, torpaq tanırıq, rəsmiyyət, niyə tanırıq? Onlar özləri tanımır axı. Onlar özləri qərəzçi formunda görürlər. Yəni onlar özləri qərəzçi formunda tərif edirlər. Əlbəttə o deyir də Fars, indi burada Farslardan yox, Fars siyasi fəallarından danışırıq. Diqqət etmemiz lazım. Biz Fars xalqından danışmırıq. Fars toplumunun siyasi cəmiyyətinin düşüncələrindən danışırıq. Bunu bilmemiz lazımdır. Biraz yani dedim burada biraz dikkat lazımdır. Yok. Fars xalqına əleyhinə danışmaq yani bir ırqçılıqdır bugünkü ədəbiyyatında. Bir xalqın əleyhinə. Onun yarısı uşaqdır, yarısı qadındır, yarısı yaşlıdır filan diyor. Ona göre bu düzgün. Ama Fars siyasi hərəkatı deyir ki biz yoxuq. Niyə? O deyir ki Fars adında bir millət yoxdur. Həm də istədirsin səni də dansın. O teorun altında səni də danmağa çalışır. Yani sənə hakim olmağa çalışır. Deyir ki bakın biz yoxuq, siz bizə deyərsiniz hakimik. Yəni özünün yox demaqlığında özünü gizlətməyə çalışır. Nəinki yoxdur həqiqətən. Həqiqətən var. Yəni biz niyə ola qəbul eləyək bir millət kimi? Çünki biz gerçəkçiyik. Həqiqəti qəbul eləməyimiz. Həqiqət odur ki bu torpaqlarda Farslar yaşayırlar. Ama burası var. Biz onlara bir dana
həqiqət veririk, varlıq veririk, sonra onlara bir haqlar rəsmiyyət edilir. Onlar bizim haqlarımızı rəsmiyyətə tanımırlar. Özlərini də rəsmiyyətə tanımırlar. Nə addıqları hissatların rəsmiyyətə tanımırlar. Amma biz onlara rəsmiyyət verəndə hüquqi şeyinə getiririk. Hüquqi Haqlar. hə, indi onlara biz hüquq tanırıq ki, onlar özləri o hüququ özlərinə vermirlər zahirdə. Yəni rəsmi sənədlərdə də, rəsmi sənədlərdə yazılarında, məsələn, bunların da böyüklərin gətirdik Şünas TV-də danışdılar da, dedi, hətta indi görürsünüz də, məsələn, Əhmədi, Dökür, nəminəyə Əhmədi, Əmir Əhmədi. Məsələn, görürsünüz ki, o deyir, fars yoxdur. Ya o birisilər, çox hamısı təqribən deyir ki, fars milləti yoxdur, fars dili yoxdur, fars şeyi yoxdur, ayrı yerdən gəlmədi. İndi burada... Deyirsiniz ki, biz niyə olan hüququn rəsmiyyəti tanıyaq? Yox. Deyirəm ki, onlar özləri tanımayanda, biz tanıyanda məcburuq o tanıdığımız adama bir iddə haqlar rəsmiyyətə tanıyaq ki, özümüzün zərəlimizədir. Niyə tanırıq? O ittifaqən əksi mövzudur. İndi biraz izah edəcəm. Biraz dayan burada. Buyurun. Biraz dayan, bu çox mühüm məsələ. Buyurun. Onlar ki, gəlirlər, danırlar. Bir dəqiqə. Onlar ki, gəlirlər, haqqı danırlar ki, ya belə bir fars adında millət yoxdur. Nəyə danırlar? Deyirlər, biz yox ki, bizə etiraz edirsiniz. Yəni, gizlənmək üçün də, o yalanın içində gizlənmək üçün. Amma biz gəldiyimizdə deyir ki, yox, sən varsan, var da, bu həqiqətdə var. O, fəqət sözdə yoxdur. Sən onun varlığını rəsmi tanıyanda, onun toprağın, bölgəsin, adın, deyirsən, əgər sən varsan, bəs əgər fars milləti varsa, başqa millətlərdə vardır. O deyir, yoxdur, fars milləti yoxdur. Başqaları da vardır. O bizim qəbul edir. Sizə deyir şey, türk. Sizə deyir türk. Lazım olanda deyir Azəri. Qəşqaiyə deyir türk. Zəncana deyir türk. Qəzvinə deyir türk. Türkəmənlərə deyir türk. Amma özünə yetişəndə demir. O bizi rəsmiyyətə tanır. Deyir ki, sən varsan. Deyir, fars yoxdur. İndi mən istidlalımı verməmişəm. İstidlalım budur. Siz dedik, bu adı nə idi o Əhmədi? Nə idi? Döktür Əhmədi? Əmir Əhmədi. Əhmədi. O bir daha faşistin birisidir. Çox faşist. Amma siz mənə qulaq alsın. Siz mənə qulaq alsın. Bir daha... Ben üzr istəyirəm. Huşəng Əmir Əhmədi rəsmən deyir ki, mən faşistəm. Özü deyir. Bilirəm, onu görmüşəm. Ona ayırmışam ittifaqın videosu. Mümkündür, onun haqqında danışam. Baxın, siz Huşəng Əmir Əhmədi ilə bir televizyonda danışırsınız. Siz istidlal qoyursunuz, o da istidlal qoyur. Əmir Əhmədinin faşistliyini dəyişməyə çalışmışsınız ki siz. Tabii ki. Elə Əmir Əhmədi faşistlik qalacaq, faşistlik devam edəcək. Sizin sözlərinizin mühüm olan o televizyonun qulaq asanlarıdır. Bizim danışığımızda fars toplumu ilə o məquliyyət, yəni məhkəmə pəsənd istidlallar, real istidlallar o fars toplumunun zehniyyətinə təsir qoyacaqdır. Baxacaq görəcək ki, mənlə Əmir Əhmədi danışanda bizim zeynimdə bir fars xalqı var, fars dili var, fars musiqisi var, fars ədəbiyyatı var, fars bölgəsi var, Xorasan, Fars, İsfahan məsələ filan. Onlar o qulaq asan deyəcək ki, bu daha düz deyil yəni. Bu görsən, fars yoxdur filan. Yəni, əməldə yəni sən o qulaq asanı qazanmalısan, nəinki Əmir Əhmədini. Diqqət edirsən, bizim istidlallarımız qulaq asanı qazanmalıdır. Amma Cam Şamili, bunun sonucu da outcome-ı bizə zərərdir. Yəni, məsələn deyək, bir dəqiqə. Məsələn, sabahları İran dağıldı, Cumhur İslami dağıldı, ordu dağıldı, bunlar dağıldı, o sistemlər ki, bunu saxlayır, dağıldı. Burada siz dediniz, o güc, hər kəsin gücü var, oradan ki, atı çapa bilər, gedə bilər, deyər, bura mənimdir. Çünki fars yoxdur ki. Amma biz desək ki, fars var, sabahları əyağımızı ora qoyanmar. Deyər ki, mən varam axı. Amma indi özü bunun rəhbərləri qəbul edir. Ay Hidayət. Əmir Əhmədi gəlib deyəcək, fars yoxdur və sən onun söz əsasında gedəcəksən, məsələn, Şirazı alasan. Deyəsən ki, Əmir Əhmədi demişdi, yoxdur, siz də yoxsuz gəlmişik bura ala. Mərdum deməz, qardaş, biz kimik burada? Nə bunun, baxın, nə teorik payalar var, nə tarixi paya deyir varımdır. Heç zadın özü qəbul edir. Kim o sözü?
kolli ziyalıları Bilirəm, içeride de baxın, eşitler. əvvələn bir daha bir dedim siz, bir daha bir zehniyyət var. Çünki ya bu rejim yıxılanda hər zaman, baba bu bir devlətin əsas qurucusu mərdumun zehnidir. Bax bu zehn. Mərdumda zehni dövlətçilik var İran. Farsların zehnində dövlət sahibidirlər. O dövlət sahibindən çıxmaq istəməzlər. Biz də olsaq istəmərik. Kimsə istəməz. İndi biz deyirik ki, Əmir Əhmədi deyib ki, İsfahan məsələn Fars yoxdur. Əmir Əhmədi deyib Fars yoxdur. Biz də deyəcək ki, yəni İsfahanda Fars yoxdur. Əmir Əhmədi gedəcək İsfahanalar. Cəmaat çıxacaq. Bir dəqiqə. Yox, deyirsən gedək alaq da, nə qədər gücümüzü alaq. Nəzir ala bilərsən. Biləm, nəzir ala bilərsən orada cəmaat dura-dura. Sən Fars cəmaatı dura-dura nəzir ala bilərsən oranı. O zaman cəmaat dura-dura öz namus, öz izin yanını necə dedik ki, bizim vətənimizə müdaxilə edərsə difa edərik. Onları durmayacaq ki, bir daha məsələn, eşikdən gəlsin ora fəth eləsin. Fərqi bu olacaqdır ki, məsələn, o məqtədir. Baxın, o məqtəyi danışırıq. Yəni, tərzi məqtədir. Yəni, əməlli məqtə deyil. Proses deyil. O budur. Orada o Fars dediyimiz adam ki, özünü tanımır. O Farslıq əsasında adamları toplaya bilməz bir yerə. Siz Türklük əsasında toplarsınız. O Farslıq əsasında toplaya bilməz. Çünki ideoloji olaraq 100 il özünü danıbdır. Tamam, çəpdən, rosta, hamısı danıb bunu. İranın içində olanlar da danıb, eşikdə olanlar. İndi sabahları bu ərəbi ilə də savaşmalıdır, türkçəməni ilə də savaşmalıdır, Qəşqayı ilə də, Loru ilə də, Bəxtiyarı ilə də, Ciləş ilə də, Mazəli ilə də, Azərbaycanlı ilə də və. Amma o onlarla savaşmalıdır. O 8-9 cibhədə savaşmalıdır. Ən azı 10 cibhədə Azərbaycanlılarla da savaşır. 10 cibhədə savaşmalıdır. Onun gücü yetməz 10 cibhədə savaşsın. Onun cavabı nədir? Onun cavabı o da siz fikirsiniz. Onun cavabı budur ki, mən İranlıyam. İranlılar, məmləkəti dağıdanlar, təciziyə tələblər gəldi, yığışmalıyıq. O ordunun yarısından çox da mümkündür Türk ola, yığış ola səndən məndən savaşmağa. O cür dəyişsiz deyirsiniz. Mən sizə dedim, zehniyyət camiəni siz yenə fəramuş edirsiniz. Fikir dağıldı. Nə dağıldı? Mərdumun zehni ki dağılmayıb. Fikri yerindədir. İranlıyıq, İran dövləti olmaq lazım. Dünən xidmət. Bu gün İran dövləti var, İranlıyıq deyə, o İranlıyıq deyə ordunun yarısı düzdür. Qardaş, ondan dif edir. Sən nəzirə deyəcəksən ki, o deməyəcək mən Farsam ki, mən Farsam. O deyəcək biz İranı... Sabah rejim dağılanda həman o Türk deyəcəkdir ki, mən öz millətimin yanında duracağam. Nə sözü hardan deyəcək, bir gecənin içində nəzir olacaq. Sən indi ki azadsan, onu niyə o Ərdəbilliyi gedib oradan çıxart da o Ərdəbilli rəis İsmailyanı oradan çıxsın. Cənab Şamil. Bu zeyniyyəni ki, bir gecədə bunlar çıxacaqlar bir Türkçük, böyük xəta ola bilər. Mən zindanda, pastar zindanilərinə bir yerdə olmuşam. Pastar. Ki, tutulublar, zindana düşüblər, mühakimə olublar, özü həbs-i əbəd. İdari İttilaat-ı Sipahi Pastaranın muavini zindandaydı, həbs-i əbəd. Zulfalı. Həbs-i əbəd. Bunlar bilirsiniz, demirəm, hamısı bu cürdür. Amma bir dana dünənlərdə cənabca yenə bir dana təhqiq dedim. İstərsiniz, bax bunu dostlara deyin, Təbrizdən sizə fotokopi eləsinlər, göndərsinlər. Təbrizin kitabxanasında, İdari İrşadın kitabxanasında, o zaman 3-cü təbəqədə. Böyük bir kitabxanası var. İndi bəlkə gedib 4-cüyə, bəlkə gəlib əşaya, bilmirəm. Amma o zaman orada bir dana təhqiq qoymuşlar ki, Azərbaycanlılar nə qədər milli istəklərinə bəxt qoyurlar, enerji qoyurlar, nə istirlər. 64%, 10% sakit idi o təhqiqdə. 10% gözdür, o təhlil yazmışlar. Yazmışlar bu 10% gözdür ki, görə güc hangi tərəfə açsa o tərəfə gedəcək. Məsələn, 13% Fars rejiminin, İslamcı rejiminin, Farsların yox, Fars rejiminin, İslamcı rejiminin 13-15% tərəfdarı var idi. 13-15 yadımda deyil. Yəni mən indi bunu amma oradan gəl. Amma bu təhqiq 75-də zətdə olmuşdu. Mən 78-də oxumuşam. 79-da oxumuşam. Bunu yaymışam. O zaman yaymışam. Yəni yazıları da olsun da, yəni bilmirik onu yəni təhqiq filan, amma hər halda yəni o cür deyil ki, fikir yazır ki, baba bizim əsl cəmaatimiz bu qədər şey bu ya danışırıq.
Baba bu xalqı cəlb eləmək bu hərəkətə. Maarifləşdirmə kimi. Tabii ki. Yəni baba Çalışıb da bizim xalqımız qulaq asın. Bax lütfən. Baba mən deyirəm ki, bu məsələn getmiyor bu fəzai stratejilərə. Amma bizim əgər xalqımız bizim yanımızda olsaydı təşkilatımız güclü olardı qardaş. Bizim xalqımız güclü olsaydı ana dilində, türk dilində uşaqlarımıza ən az eləyə bilərdi uşaqlara qoyaq da qoyanmırıq onu. Niyə cəmaət güclü dəyər hərəkət? Təşkilatlarımız güclü. Bizim siyasi teorumuz yoktu ama bu təşkilatlarımızın meydanda... 56-57'de şeydeydiniz, vətəndeydiniz. 56-57'de vətəndeydiniz. Bəli, vətəndeydim mən. Onda o fəzada hizbilərə millət qoşulurdu ya yox? Həyəcan dövründə hizbilərə qoşarlar, əlbəttə qoşularlar. Amma hani bu ki bunlar hizbilərə qoşulacaqlar. İndiki qoşmur, indiki gəlmir. Onun illətin o zamanından bu zamanı qoyanda nə görürsünüz? Nadanlıq, zəhri görürsünüz, yoxsa fişar, baskı görürsünüz? Əzizim, bax, biraz diqqət elə, bax. Bir daha misal vurdum sizə ön. Berlində 100.000 nəfər adam yığışdı. Bəli. O zorla deyir ki, baskı yoxdur orada. 100.000 nəfər adam. Bizimkilərin sahibi orada adını çəkməsəm ya. Azərbaycan boykot elədi. Bunu deyək. Bunu deyək ki, Azərbaycan boykot elədi. Ədədləri verim. Boykot eləməyəndən ədədlərini verim ki, nə? Buraya yaxşı olmaz. 10 nəfər, 20 nəfər getmiş. Neçə nəfər çıxdı təzahürata boykot eləyənlər? Boykot eləyənlərdən, boykot eləməyənlərdən gedənlər məsələn 50 nəfərə satmadı, satdı. Yox. Elə o deyil, yox. Dediyən sonra özləri təzahürat qoydular. Neçə nəfər təzahürat qoydular? Bakılılarla bərabər. Bilmiyorum. Nə qədər oldu? Demiyək də, ədədini deməsək yaxsın. Tamam. Yaxşı 100.000 nəfər oldu, 1000 nəfər oldu, 500 nəfər oldu. Bunun qabağında da bir ayrı misal bırak. Kanada'da hem Kanadalılar vardı, hem de muhtelif millətlər vardı. Yani ben de hem Kanadalıyım, hem de Türk'üm de, Azerbaycanlıyım, Türk'üm. Burada bir tane Qarabağ meselesinde bir tane rahpimalıq koydular. Kanada'nın tarixində o böyüklükdə insan gəlməmişdi. Kanada'nın tarixində, xiyabanlara o böyüklükdə insan gəlməmişdi. Qarabağın savaşında bax. Bilmirəm, baxın, biz biraz baxın, mən deyirəm ki, nə qədər gerçəkçi olsaq, o qədər güclü hərəkət edərik. Təbii ki. Nə qədər biz, məsələn, yəni ideolojik təhlillərimiz olsa, baxın, bizim gücümüz, xaricdə hamı İranlıdırlar da burada. Hamı İranlılar. 100.000 adam yığışıbdı. Onun müadili, məsələn, bizimkilər yığışdılar, məsələn, dedilər 500 nəfərdir. Yaxşı, 500 nəfər, 1000 nəfər olsun. 100.000'in yanında, hadi kardeş, söhbət edir. Hani bir gecənin içində çönəcəklər. Baba, bizim yolumuz çox ağır bir yoldur. Çox ağır. Hətta mən deyərəm ki, bu asimilə, ya nağaq kəsim, ya milli maarifləşmədə biz bu seminar qoyaq. Bu seminarlarda ki, dünyanın arasında bizim kimi asimili olan mütəxəssis, rəvanşinas varsa, gətirək deyək, bu cür millətlərin nə vəsilə ilə ayırtmaq olar? Neyini yaq? Onlara danışdıraq. Rəvanşinaslar heç təcrübəsi var asimilasyonda danışdıraq. Baba, bu şuarla, ehsasatla, siyasi şuar verməklə bu düzəlməz. Bu ittifaqı xüsunədə düşər. Hətta bunlara qorxudan aparar onlara tərəf. Əslən, istiqlal şuarı ilə müxalifətlərin səbəbi bizə nədir? Qorxudur. Cəmaətimizi qorxuda daha çox itələr onlara tərəf. Ya bunlar nə deyirlər? Bunlar təzyiyə tərəf. Bu cür şeylər İranda 100 ildir bunu qorxudur cəmaəti. Mən, bax, əsən bu istiqlal federalizm şuarını mən niyə biraz diri saxlamışam? Bundan ötür ki, baba, düşünək bu xalqı hangi dilindən, indi bu saat kimə istiqlal verir, bu saat? Nə bəhsidir burada, kimdir? Heç kəsə federal da verir. Heç mən bir daha söz deyim sizə burada. Yəni bu cahillikdən bunu deyim, amma deyim. Mənim kuşkum var ki, biz federalizmi ala biləcək şey yox. Əgər gücümüzü toplaya bilməsək, çox ehtimallı federalizm də olmayacaq İranda. Yəni əgər türklər Azərbaycana sahib çıxa bilməyəcəklər, federalizm də olmayacaq İranda. Yəni türklər çıxmasına o işlə eləyəməyəcəklər. Onlar həll olar. Yəni mən istəyirəm o deyim. Bax, biz indi bu saat federalizm məsələ deyil. Bax, bura federalizm istiqlal, bunlar söz bizim mövzumuz da indi. Fəqət bir mövzu bizim mövzumuzdur və mənim əsl sözüm də o idi. Milli maarifləşməyə hansı yumuşaq dilindən danışa bilərik? Hansı dilindən danışaq ki? Bu sözləri də ki, indi Əlin cənabızla mən və o dostlarla aparırıq bu günlərdə. Çalışmaq budur ki, bir o düşüncə, təbəqə. İndi İranda buna deyirlər ki, Quruh-i Mərcə. Danışqahı adı Quruh-i Mərcədir. O Quruh-i Mərcə ki,
topluma fikir verir, daşıyır. Onları biz mühatəbə alırıq. İndi bayaqlar Dəqiqən. bunu dedim, bilməm eşitdiniz ya Dəqiqən. yox. Bayaqlar bunu da dedim, bilməm eşitdiniz ya yox. O qismətdə ki, mən cənabınızı görə bilmirdim. Orada Ha. mən baxırdım bu Instagramda. Bu gün baxırdım. Elə proqrama gəlməmişdən qabaq, bəlkə 2 dəqiqə qabaq. Əşşərqül Ovsətin televizyonuna baxıram. Instagramda. Bizim baxıcımız bəzən ondan çoxa çıxır. Diqqət buyurursunuz. Çünki siyasi bir şeyin baxıcısı çox az. O elit gəlir baxır ora. Məsələn, fərz buyurun, məsələn, cənabınız gələndən Salih bəy Yıldırım gəlir. Niyə o cür deyirsiniz? Clubhouse-da gedirlər. Fars qruplarına 2000, 3000, 4000, 5000 adam yiyişir. Bizim qruplarımıza 100 nəfər adam yiyişir. O 20 nəfərdən çox alır. 25-30 nəfərdən. 50 nəfər. Çox olanda 30 nəfər, 40 nəfər. Axı 100 nəfər olur. 200 nəfər olsun əsmən. Onun illətləri vardır, çoxlu illətləri. İllətlərindən danışmıyor, amma bir illəti budur. Biz bir dana bir söyləmi var. Əvvələn dil məsələsi var. Bizim məhdudlaşdırır da. Yəni o zaman ki, türkçü danışırıq da o zaman şey danışmırıq. Yəni ərəbləri, bəluçları, türkçəmənləri, yəni onları ki, farsı, türkçü bilmirlər, onları biz çıxartdıq qırağa. Söyləmimiz onların içində olmur, öz içimizdə olur. Ondan sonra bu özü məhdudlaşdırır. Bir də onların içində indi məsələn həmin o otaqda bir dənə təhqiq yaparsanız, o təhqiq sizə çoxlu şeylər göstərir. Onda get çüt qururlar, necə nə adam yiyişir ora? Bilmirəm, heç getməmişəm, baxmamışam da, görəm nədir. Amma bilirsiniz nə var? Mənim baxışım intiqadi baxışdır. Hidayət. Bax, mən yəni yox, hər zat düz yolunda elə bəzi gözləyirik. Elə bu getsin biz istəyir. Bu tür şeylər mən mütəqidəm çox ciddi tutmalıyıq bu aşamada hərəkətləri. İntiqadi baxmalıyıq özümüzə. Nöqtə zəiflərimizi görməliyik. Onları görməsək həll edə bilməliyik. Həll edəməliyik, rüşd eləməliyik. Yəni mən hətta bu gün biraz yumuşaq dilin tərəfdarıyam. Bax, bu cür bir millət ki, bizim millətimizdir. Ən xüsus şəhri toplumdur. Azərbaycan şəhri toplumdur. Bax, bir Azərbaycan inqilab məşrutiyyətdə o birisi ustanlar ki, addan ustan deyirlər. Hər ustandə bir şəhər var idi. Bax, məsələn, İsfahanda bir şəhər varmış, Şirazda bir şəhər varmış, Ustanı Farsda. Orada Əhvazda bir şəhər varmış. Azərbaycanda o zaman 12 daha şəhər vardı. Yəni, Azərbaycan şəhri toplumdur. Bu mədəniyyət əsasında şəhri dil tapmaq lazımdır. Şiddətli, xuşunətli, strateji şuar filan vermə. Hətta bu söz ki, bu şuarına mən müxalifəm. Azərbaycan filan deyil, istəməyən kör olsun. Nə deyil ona? Azərbaycan bir olsun. Azərbaycan bir olsun, istəməyən kör olsun. Bu nə demək yəni, kör olsun? Biz necə istəməyən kör olsun? Niyə deyək kör olsun? Kimdir o? Biz deyirik yəni kör olsun, istəməyən də vardı, onlar kör olsun. Şuarda pozitiv təsiri qoysa. Yəni, mənim bir daha cüzvəm var, cüzvə çıxartmışam. Sloganlar, şuarlar. Bizim ərəfədə, tamam bu ərəfədə verilən şuarları analiz eləmişəm. Hangisi müsbətdir, hangisi yaxşıdır, hangisi mənfidir, hangisi olsa yaxşıdır, hangisi olmasa yaxşıdır. Bunlara düşünməyimiz lazımdır. Yəni, biraz diqqətli olmamız lazımdır. Yəni, olmasaq qazancımıza... Canım Şabili, mən... Biraz yavaş-yavaş yığışdırın da. İndi oldu 11 yarım. Bir sualımız qalır, qurtuluruq. Mən özüm müntəqid adamım. Əcib də intiqad pəzirəm. Yəni, intiqadı çox sevərəm. Çünki mən o zaman ki, jurnalistə girdim, dedim ki, intiqad eləyəcəksən, hamı səndən intiqad eləyəcək. Əgər sən hamıya, özünə icazə verirsən, hamıya nəqd eləyəsən, hamıya da icazə verirsən, sən nəqd eləyər. Bu iki tərəfli bir yoldur, tək tərəfli deyil. Mən və hətta bu proqramı da qoymuşam, buna görə ki, intiqad eləyək özümüzdən. Bunu görə qoymamışıq burada. Siz görəcəksiniz, 500 dənə sual var. Hamımız düşəcək bunun çoxunda şeyə, özümüzü axtaraq. Hər halda. Hələ o sualı verin, mənə zəif vururlar istəsiz. O sualı verin, gedək da. Sizcə, Azərbaycanlılar, Qəşqailər və Türkçəmənlər, türkülər, yoxsa məsələn Azəridir, filandır? Azərbaycan, Qəşqai, Türkçəmənlər. Onu cavab verdik da, Qəşqai, Azərbaycanlılar yox. Türklər, Azərbaycanda Kürt də var, Erməni də var, Fars da var, Gilək də var. Azərbaycanlı yox. Türklər, Qəşqai, Qəşqailər, Türklər bir şeydirlər. Bir cins, heç bir şey fərqi yoxdur. Türkmənlər, Türkmən millətidir. Özləri istəyirlər, adları Türkmən millətidir. Bizim də millətimizin adı Türk millətidir. Vətənimizin adı orada Azərbaycan, orada da Qəşqaidir vətənimizin adı.
Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Bu günləri dünənə görə bir çox suala cavab verdik, çox da gözəl bəhs apardıq. Bu günləri cənabıza bir rütbə dünəndən aşağı indiririk. Cavab edilganını Kəramətindən cüzdür olsun, məsələ deyil. oldu ən ərdəmli veririk. Və Sağ olun. beləliklə çox təşəkkür edirəm, sağ olun. Siz dünən İsrağa gün milli ərdəmli, bu günləri ən ərdəmli sifətinə layiq göründünüz. O birisi Güney Azərbaycan Demokrat Türk Birliyi Təşkilatı mənfi 60 alıbdı buradan və Güney Azərbaycan İstiqlal Partisi 5 dana milli ərdəmli, bir dana ən ərdəmli sifətin alıb. İstiqlal Partisi'nin de Güney Azərbaycan İstiqlal Partisi'ne rəqabət edir. Daha salib bəni yəni. Buradan bəli, rəqabət. Çox təşəkkür edirəm. Sağ olun. Var olun.